kamera həm ayna yeri verir, həm də ki, kameradır da, yəni. Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır. Dostlar, mən geçən həftə Oğuz bəy ilə bir proqramda danışanda bir soru qoydum. Sonra o sorunu da Instagramda, ha belə TikTokda, Facebookda, Telegramda, Weblogda, YouTube'da da yazdım, yaydım ki, əgər İranla İsrail savaşa girsələr, ya savaşa girməyələr, bir-birlərin bir-iki dəfə oyun oynayırlar, vuralar hətta belə. Biz neynəməliyik? Biz Azərbaycan türkləri, Qəşqai türkləri, Türkmən türkləri olaraq nə iş görməliyik, neynəməliyik? Məncə çox önəmlidir. Çünki biz yerimizi bəlli eləməliyik. Və yerimizi indidən bəlli eləməliyik, dostlar. Bizim qabağımızda alternativlər nə var? Biz seçimlərimiz nədir? Nə seçə bilərik? Bu çox önəmlidir. İndi bu iki bilirik, savaş belə olmaz. Savaşda gəlib 78 saat, yəni 3 gün qabaqdan, 4 gün qabaqdan deməzdərlər ki, buradan təyyarələriniz geçməsin, buradan helikopterləriniz geçməsin, buradan filan şeyləriniz geçməsin, bizim buradan munşə çatacağıq. Təbii ki, bunu elə qonşu dövlətsə, belə dostuza da desəz, bu səs yavaş-yavaş gedər düşmənin qulağına yetişər. Bu, yəni düşmənə siz 3 gün qabaqdan deyirsiniz ki, hər kəsə də, yəni İsraillər də adamdırlar da, baxırlar, görürlər ki, təyyarələr buradan daha gəlmir. Məsələn, İranın öz təyyarələri belə buradan getməsə bəllidir. 2 saatin içində təyyarələr o daimi məsirindən, daimi yolundan getməsə, bilərlər ki, tamam, burada bir ittifaq düşəcəkdir. Yəni bu belə çox da ağıllı olmaq istəmir, çox da intelligence olmaq istəmir. Bunu hamı bilər. O birisi tərəfdən də İran hər halda deyibdir və müşəkləri də ki, vurubdur, gedib yetişibdir ya yetişmibdir. Əslən bunlar mənim bəhsim deyil. Bizim əslən Azərbaycanlı türkü olaraq bu iki İranın əlində silahı var, İsraili vuracaq, vurmayacaq, vura bilər, vura bilməz, İsrail İranı dağıtmaq istəyir, istəmir. Əslən bunlar bizim Güney Azərbaycanlı olaraq bəhsimiz deyil. Mühümmüdür bizə. Amma bəhsimiz deyil. Bizim bəhsimiz nədir? Onlar bizə inhirafi bəhsidir. Onlar bizi azdırmaq bəhsidir. Bizi çaşdırmaq bəhsidir. Bizim yolumuzu dəyişdirmək bəhsidir. Bizim yolumuz nədir? İstiqlal. Əgər, salam aleyküm, aleyküm salam dostlar. Elə girdik, bismillah başladıq, getdik. Çünki dostlar bilirsiniz, mən və biz entertain ya sərgərmi farsça deyirlər, ya tovlamaq, ya insanların başını qatmaq üçün gəlmirik layva. Bizim bir amacımız var, o milli amacdır. Bizim bir dövlətçilik amacımız var. Məmləkətimizin istiqlalı, millətimizin istiqlalı amacımız var. Təbii ki, siyasi insanlar, siyasi düşünən insanların sayı az olar. Dünyanın hər yerində az olar. Yəni Amerikada deyək ki, 335 milyon, 340 milyon adam var. Bunun 1 milyonu siyasi deyil. Qalanı hamısı qeyri-siyasidir. Kanadada 40 milyon adam vardı. Bəlkə 200 min nəfəri siyasəti bilmir nədir. Hətta xəbərə baxmazlar. Yəni fikirləmin ki, məsələn, burada çox əcibə bir millətdirlər, burada hamı savadlıdır, amma hamı siyasi deyil. Yəni siyasət əslində əhəmiyyət verir. Xüsusən ki, niyə? Çünki Amerika və Kanada toplantı bir toplumudur. Toplantılar toplumudur. Yəni heç kəsin vətəni deyil bura. Heç kəs bura gələndən sonra demir bura mənim vətənimdir. Buranın dövləti güclüdür, iqtisadı güclüdür, fürsət var, pul qazana bilənlərə, mənə yox. Onlar ki, pul qazana bilirlər, onlara bir fürsətdir. Bunun üçün hamı gəlir bura. Amma burada heç kəs hissi vətən yoxudur. Ki, mən bura vətənimdir, filandır. Burada sərmayəm var, burada qalırsan, sərmayəvi görə qalacaqsan. Əmniyyətin var, əmniyyətinə görə qalacaqsan. Güclü dövlətdir, ona görə qalacaqsan. Amma bu ki, məsələn, hər kəs buradadır, deyir ki, mən öləndən sonra məni aparın, qoyun vətənimdə dəfn eləyin.
Ya məsələn, yeri düşəndə deyir ki, mən millətimin mənafiyi mənə çox önəmlidir bu şeydən, Amerikadan, Kanadadan. Bunu göstərir ki, buranı vətən bilmirlər. Amma bizim orada bir vətənimiz var, bir siyasi olmaq məcburiyyətində. Mənim tərifim, o qədim təriflər vardı, filosoflar tərif edib, insan heyvan-ı natiqdir. Yəni bir canlıdır ki, danışır. Biri də deyiblər, insan bir heyvandır ki, gülərdir. Biri də, məsələn, bunu da şey deyibdi, Sadiq Hidayət deyibdi ki, insan bir heyvandır, ibarətdir ağızdan, bağırsaqdan və aləti tənasülüdən. Yəni, buradan yer, aşağıdan gedər, işləyər. Belə bir tərif edir. Mənim tərifim də budur ki, insan bir siyasi heyvandır. Yəni, o zaman ki, iki dana canlı insan durur bir-birinin yanında, ya maşında gedirlər bir yerə, ya evlənirlər, ya bir yerdə zindana düşürlər ikisi. Bunlar orada siyasət yapırlar bir-birləri ilə. Əvvəl bir-birlərini tanımağa məcburdular. Bu kimdir, mən kiməm, zoru nə qədərdir, zorum nə qədərdir, pulu nə qədərdir, pulum nə qədərdir, əxlaqı nədirdir, mənim əxlaqım nədirdir, yola gedərəm, getmərəm, nə eləyəndə qızmaq bizim, bunu dünən öyrəşdim, yadıma düşdü ki, biz əsəbani kəlməsi yerinə ki, ərəbcə bir sözdür, qızmaq işlədirdik qədimlərdə. Mən çox uşaqdım, bu yadıma gəlir. Mənim bir, Allah rəhmət eləsin, böyük nənəliğim var idi, yəni dədəmin nənəsi deyildi, nənəsinin nənəliği idi, öcək nənəsi idi. Yəni böyük babamın xanımısı idi, ikinci xanımısı idi. O qızdırmaq, birin əsəbaniyində qızdı. Bizdə bu mənim nəzərimə çox da gözəldir. Çünki qazanıza da qoyaraq qızar, o su qaynar, o dəmir qaynar, hər nəyə vursaz əli yandırar. Bu elə həmin anlamda insanlar da qızanda, əsəbani olanda, yəni özlərinə mütəəssifanə çıxırlar, həm özlərinə, həm özgələrə zərər verirlər. Ərz edeyim xidmətinizə ki, indi biz siyasi bir mövcuduq. Keçən uzaqlara geçməyək. Bugün bir mətləb eşitdim ki, İsraillər öz tarixlərində yazıblar ki, o gün ki, qaraldı, o gün, ayın 8-də, bu ayın ki, indi biz 16-sında yığacaq səhv eləməsəm, yəni 8 gün bundan öncə, onların 6000-ci illərinin birinci günü başlanırdı. Özlərinə belə bir təqvim yazıblar, 6000 ildir. Hər millət özünə oturur, təqvim yazır, deyir, sənəddə yoxdur, yəni, məsələn, 3000 il bundan qabaq heç kəsin sənədi yoxdur, 5000 il bundan qabaq heç kəsin. Sənədlər ki, məsələn, çıxıramısı nağıldır da, nağıl. Üst-üstə yerdən 2 dənə sümük çıxır, 3 dənə qab çıxır, filan çıxır, adamlar buna otururlar, tarix yazırlar, özdən roman yazırlar. Yəni, bir dənə oradan yaxşı, bir dənə deyək ki, məsələn, adam sümüyünün bir parçası çıxıbdır. Bundan çıxardırlar ki, bu adam, məsələn, belə bir burada teknoloji sahibiymiş filan. Əcib-bəcib bir şeylər. O halda ki, biz insanın, bəşəriyyətin 100 il bundan qabağına baxanda görürük ki, acından ölür deyə o qədər də bir inkişaf yox idi. Xüsusən bəzi ölkələrdə əsl inkişaf mənası fərqlidir. Ərz edeyim, hər halda biz siyasi bir mövcuduq. Keçən 1000 ildə siyasi bir güc olmuşuq. Hakimiyyət qurmuşuq. Düşmənlərimizi yıxmışıq. Hakimiyyətimizi və qudrətimizi onlara boyun əydirtmişik, onlar bizə boyun əyiblər. Bizim hökmümüzün altında idarə qudrəti vermişik onlara, yəni demişik ki, tamam, sən istəyirsən burada qalasan, mənim hökmümün altında qalacaqsan, mənim istədiklərimi yerinə gətirəcəksən, amma özün də burada şahlıq eləyə bilərsən. Bu o şeydir ki, farslar bunu düşünmürlər, istəmirlər düşünələr. Biz bu şeylərdə Ergenekon da budur. Mən bu Ergenekonu tazalıqlarda çox düşünməyə başlamışam ki, bu nə cür bir stratejidir, bizə bu nağıl nə deyir? Orada tamam siyasətdir, tamam stratejidir. Və biz bu stratejidən istifadə edə bilərik. Məsələn, Ergenekon bunu deyir ki, biz şikəst yemişik bir güclü düşməndən. Və bu güclü düşmən bizə əslən rəhm eləmir. Deyib ki, bunların erkəkləri də qalsa xətərdir, təhlükədir, dişiləri də qalsa. Qırın, qoymayın, bir dana xanım, qız, oğlan, kişi, qoca, cavan, heç tut qalmasın, uşaq qalmasın.
Belə bir strateji tutub düşmən bizim qarşımızda. Bu nə olubdu? Biz hey dalı oturmuşuq, bu bizim üstümüzə gəlibdi, biz getmişik, o gəlibdi. O, tamam bu torpaqlar ki bizim imiş o zaman. Bu taza tapılan düşmən bizi buradan vurub, aparıb bir an öldürüb, ölübdü. 3-3 nəfər, 5-10 nəfərimiz qalmışıq. Qaçıb getmişik bir dana bir dağda, bir dana bir dərədə ki, dağların arasındadır, gizlənmişik. Düşmən də deyib ki, hər ehtimala qarşı ki, bunlar buradan diri çıxmayalar, gətirib ora, məsələn, bir dəmirdən dağ tikibdi. Ya dağ əridib, dəmir əridib, töküb ora bir dağ düzəldibdi. Biz orada qalmışıq. Bəlkə yüzlər il. İki şeyi hifz eləmişik. Mən türkəm, mənim dilim türküdür. Mən güclənməliyəm. Bunu sinədən sinəyə, nəsildən nəsilə o 10 nəfər çoxaldıqca, evladları çoxaldıqca bir-birlərinə veriblər. Bizim düşmənimiz var. Düşmənimiz bizi o vəziyyətdəki var idi, gətirib bu vəziyyətə. Bu iştibahları özümüz eləmişik. Düşmənə xoş baxmışıq. Düşməni dost görmüşük. Dostu düşmən görmüşük. Bir-birimizin aramızda ixtilafımız olubdu. Düşmən bizi bir-birimizin canına salıbdı. Sonra hücum eləyibdi. Sonra biz oturduqca o gəlib üstümüzə. Biz də gəlmişik burada. Bu indi neçə dənə dağın arasında bir dərədə burada qalmışıq. Amma burada çoxalmalıyıq. Burada güclənməliyik. Tamam, burada nə olubdu? İdeolojik olaraq və nüfus olaraq çoxalmışıq. Yəni orada İştibahlarımız nə olubdu? Bu 1-2 ay çəkməyib, 1 il, 2 il, 10 il, 100 il çəkməyib ha. Qərnilər çəkib biz şikəst altında yatmışıq. Bunun mənası nədir dostlar? Mən buna diqqət eləyək. Yəni bu ki biz deyirlər, biz getmişik Avropada almışıq filan bəhman, belə bir şey yoxmuş. Çünki biz oradan qoşmuşuq, bizi buradan qavıblar. O isti yerlərdən, o yaxçı yerlərdən ki biz orada yaşırdıq, şikəst yerdə bizi yığıblar bir yerə. Məsələn, fikrin Çində bir yer, indiki Çində, Uyguristanda bir yerə. Məsələn, ya indiki Güney Azərbaycanda bir yerə, ya Türkmən səhrada bir yerə, ya hər yerdə. Bir yerə, o yer mühüm deyil, bizi o vəziyyətə salıblar bir yerdə. Amma biz bir yerlərdən dala oturmuşuq, gücümüzü əldən vermişik, gedib bir yerə toplaşmışıq. Bunun da illətləri var da, gələk oturaq, görək ki, niyə belə oldu? Məsələn, indi biz qeydək, görək ki, niyə? 2 dana türk dövləti bir-birinin içində bölünüblər. Bu 2 dana dövlətdən 45 dana dövlət çıxıb. Biri bugünkü Türkiyə, biri bugünkü İran. Qalanı bu bölgədə nə görürsünüz? Afrikada, Asiyanın bir çox yerində, Avropanın bir çox yerində. Bunların hamısı Osmanlı və Qacardan ayrılmadı. Qacar da Osmanlının bir parçasıdır. Niyə bir parçasıdır? Çünki axı görürük ki, Azərbaycanda, Güney Azərbaycanda 1-ci Dünya Savaşında ermənilər, asurilər, kürdlər Azərbaycanlıları qətliam eləyəndə Qacarın ordusu yoxdur gedən. Bu Osmanlıdan ordu gəlir. Görürük ki, Bakıda, Şimali Azərbaycanda Ruslarla üzbəüz duranda Azərbaycan yox. Bizim ordum, yəni Osmanlının ordusu gedir ora. Yəni bunlar ki bizim tarixdə beynimizə yalan tarix soxublar ki, Qacar özü bir müstəqil dövlət imiş. Hanı bunun ordusu? Hanı bunun imkanları? Hanı bunun dərya gücü, dəniz gücü? Yəni bir belə də əgər bir belə geri qalmış olsaydıq, yəni ki çox belə geri qalmış bir millət imişik. Bu deyil. Bu bunu göstərir ki, bizim dövrəmiz, dövrə məmləkətlərin hamısı Hindistan, bugünkü Pakistan, Əfqanistan, Tacikistan, Türkmənistan, onlar hamısı bu tərəfdən də gedir Gürcüstana can, o tərəfdən aşağıya can. Bunların hamısı görürük ki, dedim 45 dənə məmləkət Osmanlının dağılmasından olur, toplanır. İndi bunun adını bizim beynimizi yıxaraq bu batılılar, Məsihi dünyası beynimizi yıxaraq, yuvaraq bizə inandırıblar ki, Qacar da bir imperator idi. Amma baxırıq, görürük ki, 1-ci Dünya Savaşında Əl-Əhvaz deyilən yerdə, Əl-Əhvaz ki, bugün deyirik, Əl-Əhvazda Osmanlı ordusu savaşır.
Qacar ordusu yoxdur. Və Qacarın ordusu niyə yoxdur? Niyə Qacar sonlarda, yəni Abbas Mirza dövründən başlayır ordu düzəltməyə? Yəni ondan qabaq bu əcəl dövlət idi, niyə yoxdur? İndi bu tarixi necə bizə uddurublar, uymuşuq, bu bir ayrı söz. Mən tarixdən danışmayacağam. Amma o bir siyasətdir. Yəni bizə bunu Yahudilər indi də var. Əgər 6000 il bir millətin tarixi ola və o tarixi yazıb saxlaya bilər ki, əlbəttə bunlar da hər halda deməyək ki, məsələn, 1000 il də olsa tarixləri var, dillərini saxlayıblar, dilləri əsasında və dinləri əsasında bir millət düzəltməyə çalışırlar. Yahudi milləti. Yahudi ilə, dostlar, cühud də deyirlər buna, İngiliscədə cühud deyirlər, bizim Təbrizdə də cühud deyərdilər. Bu cühud milləti, ya Yahud milləti bu din əsasındadır. İsrail Yahud milləti deyil. İsrail bir dövlətin adıdır. Bir ideolojinin adıdır. Bir siyasi sistemin adıdır. Bu sistem yox idi. Bu sistem Osmanlı dövrün dağıdanda qurulubdur. Dağıdandan sonra qurulubdur. Erməni adında bir dövlət yox idi bu bölgələrdə. Bu Osmanlı dağılandan sonra qurulubdur. Və cəlibdir, o uzun zamanlar için, mən indi o əski tarixdən yenə qeyd edəcəm, əski tarixə hey gelib gələcəm, bunu dostlar xahiş edəcəm, görsünlər. Biz bu torpaqlarda yaşırmışıq, insan olaraq. Və insanlar öncələr, 200 il qabaq, 300 il qabaq Avropada da belə, bizim geçen il, mesela 100 il bundan qabaqacan, 70 il bundan qabaqacan Türklərin bir çoxu köçəri idilər. Yəni məmləkətdən buradan ora köçərdilər, oradan bura köçərdilər. Bu da bu siyasi sistemin bir parçası idi. Çünki siyasi sistem mobil deyirlər də bu günləri. Yəni mütəhərrik, hərəkətdə olan, səri hərəkət edən bir sistem. Bu Türk sisteminə şey olurdu. Çünki Türk sistemi oba sistemin deyil. Çünki rahat mobil idi. Yəni rahatca eləyə bilirdi sağdan sola, soldan sağa, şimaldan cənuba, cənubdan şimala, şərqdən qərbə, qərbidən şərqə və bunların arasında sürətlə yer dəyişdirsin. Bu da siyasi mənfəətləri var idi bunun. İqtisadi mənfəətləri var idi. Nə idi? Bu idi ki, hava soyuq olanda gedirdi isti yerə. Hava isti olanda gəlirdi biraz soyuq yerə. Həm çox istidə qalmırdı, həm çox soyuqda qalmırdı. Buna yeylaq, qışlaq deyirdilər adına. Və bu dedim bir siyasi sistem idi. Siyasi sistem. Ha belə hər yerdə ki düşmən ilə sərhəddə yetişirdi, gücü çatırdı ya çatmırdı. O sərhəddə bir özündən olan bir tayfanı göndərirdi ora. Əgər görürük Əraqda türk əmən var, görürük Suriyədə türk əmən var, görürük Avropanın çox yerində türklər vardılar. Bunlar o dövrdə siyasi olarak orada oturublar. Amma bu cür deyil ki, məsələn, bu suala cavab verək da. Deyək ki, Amerika dünyanın əbəd qüdrətidir. Rusiya da əbəd qüdrəti idi. Heç olmasa 40 il bundan qabaq o soyuq savaş dediği dövrdə, cəngi sərt farsça deyirlər. O dövrdə Rusiya bir güc idi. Nədir oldu Əfqanistanda 15 il, 20 il Rusiya savaşdı. Əli boş, lüt Əfqanlıları sındıra bilmədi. Çünki axı Rusların orada tarixi yaşam yeri yox idi ki. Çünki bir millət o yeri ala bilər ki, orada tarixi, orada yaşayıb oranın hər şeyini bilir. Orada yaşayıbdır, ora onundur. Qeydir ora, orada şey edir. Yaşamaq başlayır, ala bilir. Məsələn, əgər Osmanlı deyək da, biz deyək, Qacar deyək, Qacar dövlətdir. Bunun sözümüz yoxdur. Amma Osmanlının izin verdiği qüdrətdə bir dövlətdir. İndi bunlara yenə də gələcəm. İndi görürük ki, Osmanlı o yerlərə ki gedibdi, orada çox da ciddi savaş eləməyibdi. Məsələn, diqqət buyurun, bir dənə yalan tarix düzəldiblər. Mütəəssifانə Türkiyə seriallarında, dizilərində də buna şahidik. Onların da Türkiyə bizdən çox berəmdaş olub, dostlar, bunu deyim. Çünki Türkiyə bugünkü Türkiyə Osmanlının torunları, nəvələridir, nəticələridir. Bunlar
Əgər bilsələr doğru tarixləri nədir, o tarixi almaq üçün, o torpaqları almaq üçün daha güclü işlərlər. Bunların gərək beynin bu Batı dünyası, Məsihi dünyası elə bunları yuva, elə bunların beynin dəyişdirək ki, bunlar fikir eləyirlər ki, yox da biz elə İstanbulu getmişik, almışıq. Quds məsələn gedib almışıq. Nə bilim filan yeri gedib almışıq. Yəni gedib savaşmışıq, almışıq. O halda ki, mənim teorim budur. Mənim teorim budur ki, insanlar köçdükləri yerə gələndə oranı rahat ala bilirlər. Çünki oranın yerində olan insanlar öz köklərini qeyd edirlər. Mən məsələn bir dənə videoya baxırdım. Müsahibə idi. Video deyəndə 2 saat yarımlıq bir müsahibə idi. Əl-Ədibə adlı bir xanımla, əgər iştibah eləməsəm adı Əl-Ədibə idi. Bu İspaniyanın Əl-Cəzirədə idi fikrimizdə bu müsahibə. Oradan mən YouTube'da qulaq asırdım. Ərəbcədir, ərəb dilindədir. Bu Ədibə adlı xanım İspaniyanın o zaman ki neçə yüz il Andalos adlı bir torpaqlar, İspaniya bir imperatorluqdur. Çox kiçik bir millətdir, az millətdir. Amma bu dünyanın Məsihidirlər. Dünyanın hər yerinə gediblər, insanları tarixlərin, beyinlərin, fikirlərin, hər şeylərin yuyublar, siz deyiblər. Siz istəyirsiniz inkişaf eləyəsiniz, siz istəyirsiniz tövsəət yapasınız, siz stratejiz ola, istəyirsiniz teknişiz ola, istəyirsiniz dünyanı alasınız, gərək bizim dilimizi qəbul eləyəsiniz. Bizim paltarımızı qəbul eləyəsiniz. Bizim kimi giyəsiniz, bizim kimi danışırsınız, bizim kimi oturasınız, bizim kimi durasınız, bizim kimi kilisaz olsun, bizim kimi gedin məscidə, kilisəyə ibadət edin falan, bəhman. Onda inkişaf elərsiniz. İndi Latin Amerika dediyimiz yer hamısı İspaniyalı danışır. Dinləri Məsihidir. Onlar kimi giyinirlər, onlar kimi musiqiləri var, onlar kimi falan. Amma bu millət məsələn 600 ildən, 700 ildən, 800 ildən sonra 1000 ildən sonra ki, İspaniyalıların əlində olublar, İspaniyalı olublar əslində, yəni əslində tarixlərini bilmirlər. Bu günləri dünyanın ən geri qalmış millətlərindəndirlər. Əfqanistan belə onlardan öndədir. Bu İspaniyalar Andalos ki, yenə də Andalos sözü bir torpaqdır, bir məmləkətdir, bir millətdir. Buranı İspaniyalılar almışdılar. Müsəlmanlar, türklər getdilər, oranı aldılar. Cəlibdir ki, oranın insanları müsəlmandılar və müsəlman oldular. İndiki video görsədir ki, olar ki, məsələn, indi bilmirəm, 600 ildir, 700 ildir, 500 ildir, hər neçə 100 ildir, indi o tarixi mən bilmirəm. İspaniyalılar getdilər ki, türklərin əlindən aldılar, ərəblərin əlindən aldılar. Yəni, müsəlmanların deyək, müsəlmanların əlindən aldılar. Orada bir sistem yaradıblar. Brainwash sistemi. Brainwash sistemi nədir? Əvvələn hamını öldürüblər. Hər kəs durub ayağı öldürüblər. Qızlı, arvadlı, kişili, yaşlı, yaşsız, uşaq. Sonra bir iddə adamlar qaçıblar, orada burada gizləniblər. Bu savaş məsələn 1 il çəkib, 2 il çəkib bu qətliam. Buradan can qutaranları yığıblar bir yerə. Sonra deyiblər, baxın, siz istəyirsiniz burada qalasınız. Bizim şərtimizə uyacaqsınız. Bilirsiniz, tarixi o adamlar yazarlar və hər nə istəsələr o piruz tərəf, zəfər qazanan tərəf, o şikəst yemiş tərəfə qəbul elətdirər, qoyar boynuna. Deyib ki, bu şərtlə siz bu torpaqda qala bilərsiniz. 1. Ya çıxın gedin, bu bir şərt, diri qal. Ya burada qalsaq, 1. Dinizi dəyişdirəcəksiniz, hamınız Məsih olacaqsınız. 2. Burada türkü, ərəb, müsəlman dilində yazaq filan bəhman olmayacaq, oxuymaq olmayacaq. Burada fəqət İspaniya dili yazacaqsınız, oxuyacaqsınız. Burada tarix o şeydir ki, mən deyirəm. Bunu qəbul edəcəksiniz. Bundan sonra ayrı bir şey qəbul edəməyəcəksiniz. Ən önəmlisi 24 saat gecə gündüz, yay qış. Hətta otaq yatdığınız, ər-arvad yatan otaq olursa, onun qapısı yarı açıq qalacaq. Ki bizim məmurlarımız gələndə girsinlər içəriyə, görsünlər ki, siz türkü danışırsınız, ibadət edirsiniz, məsələn, İslam ibadət edirsiniz, yoxsa Məsihiyyət. Hər
hər yerə girə bilsinlər. Yəni siz mən lütəm ay girməyə içəliyim, elə bir şey yoxdur. Hər zaman girsələr sən buradasan. Cəlibdir ki, müsəlmanların birazı o zaman köçdülər. Amma birazı qaldılar ki, bu umudla qaldılar ki, bir gün bizim müsəlmanlar, türklər qeyd edəcəklər, bizi buradan isarətdən qutaracaqlar. Biz burada qalaq, torpağımızın üstündə qalaq. Torpağımızı saxlayaq. Dilimizi saxlayaq, dinimizi saxlayaq. Amma saxlayanmədilər. Cəlibdir, o məsihlər, İspaniyalı məsihlər bunlara dedilər ki, siz istəyirsiniz qalasınız. Bu məscidlərinizin hamısını çevirəcəksiniz kilisiyə. Tamam, gözünüz üstə. Üstdəki ay ulduzu, ya ayı götürdülər, yerinə bir əlavə əlaməti vurdular. Səlib. Səlib əlaməti vurdular. Beləsi, tamam. Yazılarınızı, tamam yazıların hamısını çöndürəcəksiniz. İspaniya dilində, o məscidlərin üstündəki yazı var ha, İspaniya dilində İncilə, Tovrata, biz dediyimizə. Tamam, bunu deyilər. Cəlibdir, bu huşlu türklər ki, orada yaşırdılar müsəlmanlar, gəldilər bir strateji seçdi. Baxın, indi bunu bağlayacağım, görün Ergenekon nədir olub orada ha. Diqqət buyurun, görün türklər stratejiləri nədir qoyublar. Gəliblər, görüblər ki, bu İspaniyalılar ərəb əlifbasını başarmırlar. Bunlar da, İspaniyalılar da bunlar deyiblər ki, sizə bireyvaşdır da, bireyvaş eləmək üçün, beyninizi yıxamaq üçün siz bu məscidin üstündəkiləri sökün, ayələr yazmışsınız, hər nə yazmışsınız, bunları sökün. Bunların yerinə ərəb dilində Torat yazın, İncil yazın. Bunlar da deyiblər, tamam. Gəliblər, diqqət buyurun, zəka burada işlədiblər. Gəliblər, o xanım qız şaha yumurtanın üstündə çəkibdir. Bizim əlbəttə böyük dostumuz Döktür Rəhim Ağbayraq ilə zahirən bunun şeyindədirlər, bu tərhin içindəymişlər, bu ailənin içindən gəlib bu tərh. O işi görüblər. Nə ediblər? Deyiblər ki, bu məscidin içində ayələr ki, yazacağıq bu indi Toratdan, İncildən. Bunları ərəb əlifbası ilə yazacağıq ki, bunlar feillər, bu nəsli baş tapsın, biz nə deyirik ki, brainwash olsunlar. Gəliblər, diqqət buyurun, ərəb əlifbasında İspaniyalı dilində yazanda İspaniyalı sözləri ərəb əlifbası ilə yazırlar. Amma içində İslami, türkü şeyləri, fikirləri yerləşdiriblər, yazı yazıblar. Məsələn, bəzi yerdə yazıblar Allah. Məsələn deyirəm, la ilahə, şeyin arasında, elə o İspaniyalıların arasında. Və beləliklə, insanları bireyvaş ediblər. O cür ki, diqqət buyurun, baxın bu, mənim özümdür də, Enkizisyon ki deyirlər, Avropada yaranıbdır, da təftişə əqaid farsça bizə deyiblər, ərəbcə sözdür əlbəttə. O zaman yaranıbdır. İspaniyalılar bunu deyirlər, Qurun-i Vustada adamları yandırırdılar, nə bilim, hər kəs nə desəydi. O zaman yaradıblar ki, türklər ya şeylər Əndülüsdə şikəst yedilər müsəlmanlar. İspaniyalılar oranı əllərinə keçirdilər. Müsəlmanlar bu vəziyyətdə saxladılar. Qapılarınız açıq olacaqdı gecə-gündüz. Hətta yataq otağınız açıq olacaqdı. Xanımızla yatsaz da belə biz oraya girib sizi açıb görəcəyik ki, siz müsəlman formundasınız ya yox. Biz hər zaman sizin övrətinizə baxacağıq, görək ki, məsələn bizim o dediyimiz deyə yox. Bunu da diqqət buyurun dostlar. Övrət bizə bir tarixdə bir şey də deyiblər. Hər vaxt deyiblər, istəyiblər deyirlər ki, filan kəs Yahudidir, deyirlər, açdıq gördük ki, bunun məsələn övrəti kəsilməyibdir, bu sünnət olmayıbdır. Sünnət olmadığı üçün bildik ki, bu adam, molla, bu molla məsələn şeymiş, Yahudiymiş. Yox, o cür bir şey yoxdur. Yahudilərdən gəlib İslama. İslamda uşağı kəsməzlər. İslamdan qabaq Yahudiyyətdə uşaqları kəsərmişlər, sünnət eləmişlər, sünnət toy tutarmışlar. Məsihlər kəsmirlər. Əlbəttə, indi seçənəkdir. Yəni, biri seçsə ki, oğlan uşağını kəstirsin, kəstirir, kəstirməsin, kəstirmir. İslama Yahudiyyətdən gəlibdir. Və bu yalandır. Yəni, əgər onun üzrindən hər nə nəqil çeşitmişsiniz, filan kəs açdılar, gördülər, bu şeydir, Yahudidir, onu bilin ki, yalandır. Çünki Yahudiliğin, əlbəttə, gizli Yahudilər var, necə ki, gizli müsəlmanlar var. Dedik, məsələn, Əndülüsdə gizli müsəlmanlar qalıblar neçə yüz il. Məsələn, bu qız ki, Əl-Ədibə dedim adı,
Bu xanım özü deyirdi ki, mən bir gün, məsələn 35 yaşında girdim, gördüm mənim böyük nənəm bir işlər görür. Məsələn bir cür əyilir, düzəlir. Məsələn ruku, sucud beləsi. Deyir buna dedim, nələm çox narahat oldu. Ay bağışla bu, əslən bu ayrı bir şeydi falan deyir. Dedim ki, qorxma. Deyir ondan sonra deyir buna çox yalvarımsa bu dedi ki, bala mən heç vallah bilmirəm bu nədir. Fəqət bunu tarixən mənim böyük nənəm deyibdi ki, bunu elə, mən də bunu elirəm. Əslən bilmirəm nədir. Niyə eləyirlər? Fəqət bunu mənə nəsldən nəsli bizə belə gəlibdir ki, bunu eləyir. Biz də uşaqlarımıza qorxumuzda o qədər brainwash olmuşdular ki, böyük nənə qızına örgədənməyibdi. Nəvələrinə örgədənməyib. Böyük nəvə bir gün nəvə məsələn xapa-xapdan girib otağa görüb ki, nənəsi məsələn yerdən belə durdu. Səcdədən durdu. Nənə nə qeyrirsən? Bunun ucundan yapışıb görüb ki, nənə müsəlmanmış. Nənə türkmüş. Diqqət buyurdunuz. Ondan sonra bu qız gedibdi oturub oxumağa. İndi o Qurunev ustada olan təftişi əqaid dadgahları 1986-ya can 86-ya can dirilmişlər. Əgər səhv eləməsəm, indi 86, 85, 84, 89 bunlarda, yəni bu illərdə, 80 illərdə yox, 1980-lərdə bu dadgahın rəsmi olaraq münhəll elədilər. Yəni o qanunlar, brainwash qanunları, qətliam qanunları ta 1980-ə qədər bu Avropanın göbəyində diriydi. Avropa millətlər bunları ötürür, bunların hamısı o Osmanlı yıxılandan sonra bizim beynimizi əlbəttə yıxılmamışdan başlamışdılar. Bunlar o zaman başladılar ki, Hindistanı aldılar, eləyə bilər Türk hakimiyyətinin Hindistanda ki, o da Osmanlının əli altında işlirdi, Osmanlı ilə bərabər işlirdi. Onları yıxandan sonra bildilər ki, okey, biz rahat yol budur ki, biz gələk bir millətin içəridən bir iddə adamların alaq ki, mütəəssifanə bilirsiniz, Türkiyədə, Osmanlıda. Osmanlını xaricəlilər yıxmadı, birinci savaş yıxmadı dostlar. Osmanlının əleyhinə kodita oldu. Türklər kodita elədilər. Hakimiyyətdə olan generallar, sərhəngilər, timsarlar kodita elədilər. Yıxdılar. Və Türklərin ən böyük gücü ki, bugün Məsihiyyət dünyası saxlayıbdı, onu biz əldən verdik. Nə idi? Müsəlman dünyası İstanbula baxırdı. İstanbuldan bir dənə fətva çıxanda, Hindistanda da, Çində də müsəlmanlar və o hər yerdə müsəlmanlar o fətva ilə hərəkət edirdilər. Siyasi, dini lider İstanbul idi. Amma onu elə pislədilər, özü kiminlə? İngilistan gəldi, dedi ki, məsələn deyirəm, indi diqqət buyurun, bir dənə misal, bugünkü gündən vururam, qeydaq indi İran, Ergenekonu da oradan deyəcəm. Dedim də, Ergenekon o cür oldu, indi onu burada yenə deyəcəm ki, bizdə Ergenekon dövrəsindəyik. İspanyollar hər halda orada indi qeydiblər özlərinə. Müsəlman olurlar, ərəbcə namaz qılmağa qeydiblər filan. Bəhman çox bu qeydmaqlarını qeydiblər və istəyirlər ki, İspaniyadan da ayırsınlar. Bu da bir məsələdir. İstədim ki, çox əcibə bu Məsihi dünyası iki dana şeyi ciddi görür. Bir hər yerə çizilir, orada dili, dini, hər şeyi, tarixi değiştirir, bir emverş edir. Bir də sömürür. Oranın iqtisadında hər nə var? Yeraltı qaynaqlarında nə var? İnsanların evlərində qızıl, filan, bəhman bunların hamısını aparır. Çox əcib istəyir. Əslən bu Amerikanlar bu cür eləyiblər, Kanadanda bu cür eləyiblər. Yəni fikir eləməyin, buranın yerel insanları dünyanın ən kasıb insanlarıdır. Afrika dünyanın ən kasıb insanlarıdır. O halda ki, İslam dövründə, müsəlmanlar dövründə belə deyildilər. Hindistan bugün dünyanın ən kasıb məmləkətlərindəndir. Ən kasıb məmləkətlərindəndir. Amma o cür ki, elə bu İngilis tarixçilər deyirlər, İngilistanın o Hindi şərqi ora gedəndə dünyanın iqtisadının, bugün Amerika necə dünya iqtisadıdır, o cür də Hindistan, Babirilər, Türk dövləti ki orada var idi, onun hakimiyyətində olan Hindistan ki bu günləri çox məmləkətə bölünüb özü, bunların hamısı dünyanın iqtisadi əbər qüdrəti idi. İstanbul siyasi əbər qüdrəti idi.
İqtisadi əvvəl qüdrət deyildi. İqtisadi əvvəl qüdrət Hindistan idi. Osmanlı siyasi, nizami düşüncə əvvəl qüdrət idi. Çox da güclü idi, çox güclü. Şikəst verdilər. Və mütəəssifانه şikəsti xaricəlilər vermədilər. Məsihiyyət dünyası vermədi. Çin vermədi, Rusiya bura şikəst verəmədi. Bu millət o Çanaqqala savaşı dediklərində bir iki üç dənə savaşlarda şirkət edibdi. Doğrudan 7 dövlətlə savaşırdı. 7 dövlətlə. Məsələn orada 160 min, 170 min, 180 min türk əskəri ölübdü. Orada. Əvəzində məsələn 300-350 min o birisi dünyadan adam öldürüblər. Amma qoymuyublar oradan keçələr. Mən buranın yeməklərin, zadların o əskərlər orada savaşırdılar. Belə məmləkət qoruyublar. Orada şikəst yeməyiblər. Baxın, savaşda şikəst yeməyiblər. Gecə tezi bu savaşı qazanacaqdılar. Necə Rusiyalılar Hitlerdən şikəst yedilər, getdilər. Moskovu da belə boşaltdılar, getdilər. Amma gücün qazandı, Ruslar güclərin qazandılar. Dünya ilə də bir şey elədilər, stratejilərini dəyişdilər, gəldilər. Almanın yarısını da aldılar. Osmanlı da Çanaqqaladan sonra alacaq idi. Və gedirdi qabağa. İdeolojini yaratmışdı, ordunu gücləndirmişdi falan. Tamam sistemlər hazırlaşmış. Amma içəridə olan xainlər ki, pul alırdılar Framasoniyadan, İngilistandan, Fransa'dan, Rusiyadan pul alan xain türklər, xain türk hakimiyyətində olan insanlar. Çünki hamısı türk deyildi. Bunu da deyək. Yəni mən burada deyirik, xain türklər bu cür deyil. Ərəblər də var idi, ermənilər də var idi, ondan sonra yəhudilər də var idi, Avropalı məsihilər də var idi. Bunlar hamısından Osmanlı adam yetirmişdi, generallar düzəltmişdi. Məclis də bunlar idilər. Məclis də bunlar idi. Yəni o məclisi məşrutə ki orada düzəltmişdi Osmanlı 2 dövrdə. Hər ikisində də bu adamlar idi. Və dostlar, kodita elədilər Osmanlının əleyhinə. Bir hakimiyyəti yıxdılar. Osmanlıdan 45 məmləkət çıxdı. Biri bugünkü İran, biri bugünkü Türkiyə. Və o gündən bunlar istəyirlər, yəni onlar o zaman eləyə bilmədilər. Hətta o Osmanlıdan sonraki dövlət ki gəldi iş üstə, kodita dövləti mən deyirəm ona. O dövlət belə şey eləmədi. Bəzi bunların zor eləməklərini qəbul eləmədi. Məsələn, Kürdlər də bir məmləkət olsunlar, qəbul eləmədi. Amma ərəblər məmləkət oldular. Əgər iştibah eləməsəm, 3 dənə şahlıq düzəldi. Biri Əraqda, biri Suriyədə, biri də şeydə Ərəbistan, bugünkü Ərəbistanı Suudidə. Əgər iştibah eləməsəm, bəlkə iştibah eləməm Ərəbistanı Suudini. Cəlibdir, üçünün də birinci rəhbərləri ki, İngilistan qoydu, İngilistan mələkəsinin yaxınlarındandır. Yəni, öncədən, məsələn, ailəsindən birini vermişdi, burada ərəblərlə evlənmişdilər. Onların uşaqlarını cəhd elədi şah. Və bunlar, məsələn, bilmirəm, dayı uşaqlarıdırlar bu üç məmləkətin şahidi, ya xala uşaqlarıdırlar. Beləsi. Üçün də gətirdilər qoydular, hərəsini bir yerdə şah qoydular. Bir ailədəndirlər, bir ailədən. Və İngilistan imperatorluğuna bağlı, yəni bağlı ya qan bağlısı var. Amma ərəbidir. Osmanlıya xiyanət elədilər. Özlərinə dövlət qurmağa çalışdılar ki, əlbəttə bu dövlətdə onlar qurmadılar. İngilistanın milli tarixi istimari mənafiyi yolunda gəldilər, belə bir iş gördülər. Dostlar, indi bizim Ergenekonumuza gələk. Türklər oradan Ergenekonda neçə min il bundan qabaq o şikəstdən sonra getdilər, o dərədə qaldılar. Çox bir acı şəraitdə orada 2-3 dənə iş gördülər. Bir, çox doğsunlar, törəsinlər.
Birinci strateji. Sən istəyirsən düşmənə zəfər qazanasan, personel olaraq, savaşçı olaraq gərək çox olasan. Nüfusun gərək çox ola. Nüfusu çox olan millət, nüfusu az olan milləti alır. Sonunda, gec-tezi alır. Hə, deyirsiniz ki, İngilistan necə oldu ki, məsələn, 3-4 milyon idi, gəldi Hindistan ki, 300 milyon idi, aldı. İndi biraz işarə elədim də necə oldu, aldı. Hindi şərqi ilə gəldilər və çox uzun zaman, 150 ildən sonra orada yavaş-yavaş eləyə bilirlər ki, hindiləri istihdam eləyirlər, hindiləri brainwash eləyirlər, hindilərdən ordu düzəldilər, özlərini öldürürlər. Orada ingilislər gəlib savaşmadı. Ergenekonda əvvəl dal oturduq, getdik, girdik bir dağların arasına. O dağların arasında birinci ki iş gördük, gərək çoxalaq. İkinci ki iş gördük, gərək tariximizi saxlayaq. Bizim hara vətənimiz idi, hardan gəlmişik bura, niyə gəlmişik bura. Sonra nə cür güclənə bildik, ideolojik olaraq, düşüncə olaraq. İdeoloji yəni düşüncə. Düşüncə olaraq nə cür birləşməliyik, nə cür əl-ələ verməliyik, nə cür savaşmalıyıq, nə cür qüdrət almalıyıq. Sonra məsələn, yüzlər il çəkdi. Fikir edin ki, məsələn, 1000 il orada qaldılar türklər. 1000 ildə, hər 100 ildə dostlar, 5 ta 6 nəsl dəyişir. 5-6 nəsl hər 100 ildə dəyişir. Əlbəttə, məsələn, qədim zamanlar bəlkə də 7 nəsləcən gedə bilərmiş. Uşaqlar 12 yaşında, 13 yaşında, 15 yaşında evlənən zaman nəsl eləyə bilər ki, tez-tez değişsin. Amma diqqət buyurun, əgər 1000 il orada qalmış, 500 il orada 1000 il qalmış, 2000 il, hər neçə min il, bilmirəm neçə min il qalmış. Çünki bu tarix deyil, da bu şeydir. Sinədən gələn əfsanədir. İndi orada bağlılar bunu ayrı bir əsatirə, onlar da yenə də bir ayrı bir şeydir. Onlarda əsatir mənası var. Yəni, bu ki biz Bozqurd bizə önəmlidir. Bu deyil ki, doğrudan bizə süd veribdir. Bəlkə də olub, belə bir şey ola bilər. Niyə olmasın ki? Ola bilər, bir dənə heyvan gələr, bir dənə uşağa süd verir. Niyə olmasın ki? Olubdur. İndi də görürük olur. İndi görürük ki, məsələn, pişik gedir itdən süd əmir. İndi görürük ki, insan, balaca uşaq belə gedir inəyi əmir məsələn. Ola bilər. Yəni, ola bilər bir şəraitdə belə bir şey olmuş olsun. Amma əsatirdir o. O bizə yol göstərir. O stratejidir. Bağımsızlıq. Siz vurublar, sizi sındırıblar, öldürüblər, keçmişsiniz, 20-siz, 50 nəfər, 30 nəfər, 100 nəfər, hər neçə nəfər bir dənə bir dəriyə, orada qalmışsınız, oradan çıxmırsınız, gizli qalırsınız, çalışırsınız, düşmən bilməsin, düşmən ora çətin girir, girənmir. Siz bura girmişsiniz, düşmən girənmir. Çünki ərzişi yoxdur. Tamam, bura girmək çox mahaldır, çox ağırdır. Buradan çıxmaq da çıxmazlar. Biz də buradan çıxanı vurarıq məsələn. Düşmən də bir 20 il, 30 il gözlür, çıxmadı. Tamam, çıxır gedir işini dalırsan. Sən də qorxundan çıxmırsan. Bildirsən ki, sənə strateji lazımdır ki, sakit olasan. Düşmən bilməsin sən nə gedirsən. Stratejiyə baxın. Düşmən bilməsin sən nə gedirsən. Altdan öz cəmiyyəti çoxaldırsan, nüfusu çoxaldırsan. Tarixi saxlayırsan. Mən hardan gəlmişəm, harada idim, bizi kim gətirib bura, niyə gəlmişik bura, niyə bu çətin vəziyyətdə yaşırıq, niyə biz bu cür olmuşuq. Şahlarımız nə cür xiyanət elədilər, generallarımız nə cür xiyanət elədilər, millət nə cür bir-birinə xain oldu, bir-birinə etimad eləmədi, bunları düşünürük. Vətən məsələsi, ideoloji bir-birimizə yaxınlaşmaq üçün, bir-birimizə qollarımız bir-birinə kilitlənmək üçün, bir-birimizə ruhsal bağlanmaq üçün qandan əlavə, dildən əlavə bir dənə də etiqad lazımdır. Bizim dədələrimiz hər zaman bu etiqadı dəyişdirməyə rahatca dəyişdiriblər. Hər nə din ki görüblər, burada bu din var deyilə bilər, bundan bir fayda götürürlər, tamam, bu günləri bu dini qəbul eləyək, bundan gedək. Gəliblər, sabah görüblər, bir ayrı din gəldi, yazı ondan güclü, onu qəbul eləyiblər. Çünki din bu kravat kimidir. Bunu buradan çəkib aşmaq olar.
Mənim kravatım da yoxdur da. O dini açdım, qoydum bura. Dərdimə dəymədi. Din belə bir şeydir. Din bir milləti bir yerə toplamaq üçün, onları amaca yetişmək üçün birləşdirmək və onlara əngizə vermək. Məsələn, bizim nə cür yaxşı, vətən üçün ölməlisən. Adam deyir, mən burada ölmürəm, gedirəm Kanadada yaşayam, ölməyəm. Amma əgər o zaman ki gəlirsən deyirsən, sən əgər İslamı qəbul eləsən, o dünyan var, behiştin vardır, gedəcəksən o dünyada behişdə filan, bəhman, hurin var, filanın var. Adam deyir, tamam, mən bu dünyada da ölsəm, bilirəm ki, həm qəhrəman olacağam, həm də o dünyada da bir şey alacağam. Diqqət buyurursunuz. Dinin belə bir silah anlamı var. Həm düşmənin qarşısında sizi birləşdirir. Baxın, Məsihiyyət dünyası indi birdir. İndi birdir. Siz diqqət buyurun, Məsihiyyət dünyası kamilən birdir. Əsli şaxəsi, Rus şaxəsi ilə müşkülü var, Ukraynada savaş edir. Fikir eləməyin ki, fəqət orada silah savaşır. Fəqət orada iqtisad savaşır, ekonomi savaşır. Fəqət orada ordular, məsələn, mən Rusam, sən Ukraynasan, o savaşır. Yox. Məsihiyyət dünyası orada iç savaşı geçir ki, birlik yaratsın. Çünki hələ bir deyil. İlləti də budur, dostlar. Müsəlmanlar bu günləri, məsələn, deyək ki, müsəlmanlar Amerikada keçən 1000 ildə, 10.000 ildə yox idilər. İndi geçən 100 ildə başlayıblar müsəlmanlar bura köçürlər. Gələn 1000 ildə burada vətən sahibi olacaqlar. Çoxalacaqlar, güclənəcəklər. Və gələn 1000 ildə burada dövlət quracaqlar müsəlmanlar. Məsihlər bunu bilirlər. Məsihlər bilirlər. Bunun üçün də Məsihlər Avropada da bundan müşküllər var. Oriana Falaci 40 il bundan qabaq kitab yazıb. 40 il bundan qabaq, 45 il bundan qabaq kitab yazıbdır ki, müsəlmanlar Avropada çoxalırlar, çoxaldıqca da güclənirlər, gücləndikcə də hər şeyi alırlar əllərinə. İndi kilisa, məsələn, Avropanın bəzi şəhərlərində, bəzi yerlərində məscidlərin sayı kilisa qədərdir. Məclisdə nümayəndə müsəlmanlardan məsihlər qədərdir. Bəzi yerlərdə. Və bu, deyir ki, yəni, məsələn, burası da var. Məsələn, müsəlmanlar 1000 il bundan qabaq burada yaşayıblərsə, indi gediblər bir ayrı yolla gedirlər. Bu gücdür. Siz orada gedirsiniz, mən getmişdim Almana, 22 il bundan qabaq getmişdim Almana. Orada gördüm ki, bizim İranlı tudəlilər, komünistlər, çəp, marksisti, leninisti düşüncələr müsəlmanlarla bir yerə gələndə müsəlmanlaşırlar. Yalandan da namaz qılsalar, qırırlar. Bir ikisindən soruşdum ki, niyə? Dedi, bax, Almanlılar çox nəcatpərəst dedilər. Mən Almanda olduğum üçün Almanda soruşmuşdum da ona görə. Dedi, bizim çarəmiz özümüzü qorumaq üçün çarəmiz yoxdur, illa ki, gərək bir güc ürəşdirək Almanların qabağında. Bu güc müsəlmanlıq gücüdür. İranlıq, türklük, təbrizlik deyil, müsəlmanlıq gücüdür. Çünki müsəlmanlar, əgər desən, məsələn, türklər, məsələn, neçə milyondur, 2 milyon, 3 milyon, 5 milyon. Desən, Fars, məsələn, 100 min, 10 min, 5 min, 3 min, belə. Məsələn, desən, İranlı mülküdə ola 15 min, 20 min. Amma deyəndə müsəlman dünyasından gələn adamların hamısını hesablayanda görürsünüz ki, məsələn, Avropada, məsələn, deyək ki, 100 milyon müsəlman var. Əlcəzairi də var, Tunesli də var, Misrili də var, Suriyeli də var, İranlı da var, hər yerli var, Libili var, oralı var, Türkiyeli var. Və bu böyük güc olur. Diqqət edirsiniz, bu da strateji olaraq çox mühümdür. Bu da bir stratejidir. Yenə o nədir? Ergenekondur. Siz indi məcbur olmuşsunuz, gedirsiniz orada yaşırsınız. 100 ildən sonra, 1000 ildən sonra, 5000 ildən sonra Avropada bir güc olacaqsınız. Nə edirsiniz orada? İqtisadi gücləşirsiniz, dinsel gücləşirsiniz, nüfus olaraq artırsınız, evlənirsiniz, çoxlu uşağınız olur.
Eyni halda tüm əqəlliyyətdə də azlıqdadır məsihlərin içində çox insani davranırlar müsəlmanlar. Qərələrdən himayət edirlər, azlıqlardan himayət edirlər, filan bəhman köməklik edirlər. Bunlar da bahis olur ki, nə olsun? Gözəl his qazandırır o birisi məsihlərdə, o birisi insanlarda, dinsiz insanlarda ki, müsəlmanlar nə yaxşı dindirlər. Məsələn, İranda bir xanım başaçıq dolanmır, orada müsəlman başaçıq dolanır, başaçıqlarını da himayət edir. Eyni halda bir dənə xanım ki, başaçıq dolanmır İranda, məscidə gedə bilmir Türkiyədə. Bədbəxtçılıq budur. Türkiyədə xanımlar məscidə gedəmirlər. Namaz qılamırlar məsciddə. Gəlir deyir ki, məsələn Amerikada, Kanadada müsəlman deyir ki, xanım getdi qabağa imam cəmaət. Xanım başaçıq xanım başına belə dəsmal yalandan örtür, keçir qabaqda namaz qılır. İmam cəmaət olur. Diqqət buyurun, değişir. İdeoloji değişir, modernləşir. İndi qeydaq gələk İran-İsrail savaşına və bu bizim burada Ergenekonumuz nəticədir və biz nə etməliyik? Hə, o Ergenekonda orada qaldılar, nüfusları çoxaldı, ideolojilərin şey oldular, tarixlərini düşündülər, biz düşmənimiz kimdir, dostumuz kimdir, bunu danışdılar, içəridəki düşmənləri yıxdılar, münafiqləri aradan apardılar, casusları aradan apardılar. İndi yüzlər il keçibdir, çoxalıblar, məsələn olublar 10.000 nəfər, 15.000 nəfər, 50.000 nəfər, 100.000 nəfər çoxalıblar. Bilmirəm, tarixdə bu tarix deyil, dedim, bunlar tarix, bu fəqət nəslidən nəslə gələn bir hekayələrdir. Yoxdur, indi deyir ki, biz gücləndik, savaşı da örgəşirlər. Hə, bu müddətdə arvadlı kişi savaş örgəşir. Türkün müşkülü, Türk daimən bu cürdür. Türk xanımları erkəklərdən bir addım dalıya qalmır. Həm siyasətdə, həm iqtisadda, həm də savaşda. Vətəni sevməkdə, vətən qorumaqda Türk xanımlar erkəklərdən qabağa keçiblər. Niyə? Çünki erkəklər bəzən əsir düşürlər ya filan olurlar, gedirlər. Uşaqları qorumaq xanımların işidir. Toplumu qorumaq xanımların işidir. Onun üçün silah götürürlər. Uşaqlarını qorurlar. Uşaqları üçün savaşırlar. Uşaq üçün savaşan xanım vətəni üçün də savaşır. Əri üçün də savaşır, dədəsi üçün də savaşır, nənəsi üçün, dayısı üçün, xalası üçün, əmməsi üçün, hamısı üçün savaşır. Bunları bizim yadımızdan çıxardıblar. Birinci Dünya Savaşından biraz öncədən başlayıblar, bizim yadımızdan çıxardıblar. Adını da İranda qoyublar Təxtiqapı. Təxtiqapı nə demək? Sizin qapınıza kilit vurur, Təxtiqapı. Təxtiqapı da Təxtiqapı. Gəlir sizin dövrünüzə divar çəkir, qıfıl vurur, buradan çıxanmasın işi. Olur Təxtiqapı. Çünki qapını açmasın, çıxanmasın da dövlət gəlir bir dana siyasət götürür, adını qoyur Təxtiqapı. Təxtiqapı nə? Sənə deyir ki, bax bu mühitdən eşiyə çıxanmasın. Sənə deyirəm ki, oturaq qalacaqsan. Hə, biz Rıza Şahdan öncə dediyim kimi əvvəldən, biz köçəri, türklər siyasi olaraq köçəri olur da, köçəri insan səri, indi lazımdır ki, sabahları buradan gedək filan yerdə savaşa, ya filan yeri gedək işğal eləyək. Nə deyir? Gecə deyirdi ki, səhər sübh saat 5-də hamı yoldadır. Səhərəcən görürdü, hamı vərbəsailin bağlayıbdı, mal heyvanın hazırlayıbdı, düşdü yola. Getdi. Gecə düşürdü yola, səhər oradadır. Düşmən yuxudadır, yetişdi. Məsələn, qədim görürdü savaşlarda buna görə ki, düşmən bilməyə atların, qatırların, eşcəklərin, inəklərin, öküzlərin ayaqlarının altına keçə bağlırdılar. Nəmət bağlırdılar ki, bunlar ayaqlarını qoyanda yerə səsi çıxmasın, düşmən bilməsin, biz gəlirik. Bu qədər diqqət edirdilər. Stratejiyə baxın siz. Yaxşı, indi o 100.000 nəfər olub da, hər neçə min nəfər olub da Ergenekon dağların arasında, biz buradan çıxmalıyıq. O qəd qaçıblar, gediblər, uzağa düşmən gedibdi. Bunların xəbəri yoxdur ki, o dağdan ki yeniblər, o dağ çox pis dağılmış. Məsələn, indi Everestdə heç kəs çıxanmır, bilirsiniz, Çin ilə Hind qonşudular. Diqqət buyurun, mən oradan fikir edirəm, bəlkə biz orada yaşırmışıq. Mənim özümün şəxsi nəzərimə gəlir ki, Ergenekon dedikləri yer Everest dağları olmalı olacaqdı. Niyə? İndi deyəcəm niyə. Çünki Everest dağlarının o tayı Çindir, bu tayı Hindidir. Fəqət arada bir dağ var, dağlar var, bir silsilə dağlar var. Bu dağlardan cəlib budur ki, bir-birinin dibində olan iki millət, dilləri fərqli, kültürləri fərqli, paltarları fərqli, dinləri fərqli və bir-birinin tərsinə.
Bir-birinin tənsinə. Məsələn, burada Budaizm çoxalıb, orada nə mənə Konfütsiyizm çoxalıbdır. Orada dünyaçılıq çoxalıb, burada məsələn dünyadan uzaqlaşmaq çoxalıbdır Hindistanda. Bunlar da hamısı əlbəttə məncə yenə də bunlar qeydir. Hamısı Hindistanın son bu 250 ildə apardığı siyasi təsiratı. Hindilər çox dərvişləşdirdilər. Dərviş yəni bu ki, zorun çatmır, get orada bir dana xurma ye, bir qal. Bu vətən mənə qalsın. Sən orada bir xurma ye, tərpəşə bilmə. Sən denəcək, mən qarışqanı öldürməyəcəm, amma mən sənin adamları qırım. Diqqət buyurun, görün stratejidə nə cür strateji götürüb Hindistana? Eyni zamanda gəlib de buna deyib ki, sən dərviş ol. Sən, nə bilim, filan ol. Sən filan şeyi ibadət elə, sən bəhman şey. Amma özü gəlib deyib ki, mən pulu ibadət eləyəcəm, mən iqtisadı ibadət eləyəcəm. Siz mənə baxmayın, mən cəhənnəmə gedəcəm. Necə pullular həmişə deyirlər ki, baba sizin keyfiz olsun, kasıb adamlar, bir şeyiz yoxdur. Cəhənnəmə də cəhət gedəndə Allah o dünyada soruşacaq şey, nəyin var? Özdə misalı budur. Sacı qoyublar odun üstünə, bu məsciddə biz uşağı idik, xeyli misal vurardılar. Mən də başlapbazdıq. İndi görürəm ki, baxın. Deyərdilər ki, məsələn, İslamdan misal vururlar. Deyirlər, Əbu Zər dedi, həm bu şeyi yandırdılar, sacı qoydular odun üstünə. Dedilər ki, məsələn, filan kəs çıx ki, denən neynəmsən? O çıxdı, dedi ki, mənim məsələn 100 dəvəm vardı, 500 inəyim vardı, 2 arvadım vardı, 4 kənizim vardı, 10 dana nökərim vardı, 5 dana qoyunum vardı, bir dana falan. Bəhman, deyir, ayaqlar yandı, düşdü, ay dadı bidad. Amma Əbu Zərə dedilər, nəyim var, çıxdı, dedi ki, heç zadım yoxdur, düşdü. Ya məsələn, əlində bir ağacım var, oradan düşdü yerə. Ayağını qoydu, oradan düşdü yerə. Belə bir şeylə bizi toğlayıblar. Biz elə toğlanmışıq ki, düşüncə olaraq toğlanmışıq. Müsəlmanlar orada, müsəlmanlar deyirəm, türklər o Ergenekondan istəyirlər çıxalar. Gəlirlər, görürlər ki, olan dağ deyib bu. Biz buranı necə geçmişik, can hölündən buranı necə dırmaşmışıq, bunları aşmışıq, gəlmişik bu dərələrə. Necə burada yaşamışıq? Olan burada yol yoxdur çıxmağa. Buradan çıxsaq, mesela bu Türk cəmiyyətinin yarısı ölər. Yarısından çox oradan düşər ölər. Çünki o Everest dağlarına indi də dağa gedəndə əvvələn bələdçi ilə gedərlər. İkinci ip atarlar, ip mıxlarlar, ondan çıxarlar. Türklər görün necə canlarından qorxublar ki, o dağları aşıblar, gediblər, düşmən aşa bilməyibdi. Düşmən də deyib ki, mənim da canım yox. Buradan bu biz getmirik. Tamam, bu öncəsində orada yaşasınlar. İndi qeydə görür ki, olan buradan keçmək olmaz, buradan mal heyvan aparmaq olmaz, buradan yemək aparmaq olmaz, buradan silah aparmaq olmaz, buradan uşaqları, böyükləri, qocaları buradan keçirtmək olmaz. Nə eləyək? Gəlin bu dağa əridək. Təhcə bu yol. Dəmir dağıdır, gəlin bu dağa əridək. Meşələri qırıblar. Diqqət buyurun, görün, baxın. Mübarizə bu qədər çətindir. Mübarizə bu. Qabağızda bir böyük dağ var. İran dağı, Fars dağı və beyin yıxılmaq dağı. Beyin yuyublar ha bu beyni. Bu beynimiz İranlaşıb, Farslaşıbdır. Bu dağ, bu böyük dağdır. Ən böyük dağ budur. Bu dağdan nə cür çıxacağıq biz? Bu İrançılıq dağından nə cür keçəcəyik? Bu Türkçülüğün qarşısında, millətçiliğin qarşısında biz bu İrançılıq, Farsçılıqdan necə keçəcəyik? Od qıraq. Adamların hamısı, uşaqlı, böyüklü, arvadlı, kişili, salim, məriz, hamısı gediblər odunları, meşələrdən odun qıracaq, gətiriblər, yığıblar burada, tayalayıblər, gedib dağın başına can, çıxıblar dağın başına can. Sonra buna od vuraq, yandıraq. Görün nə qədər gərək gözləyirlər, buna deyirlər, strateji dözüm, hazırlıq, savaşa hazırlıq. İnsanlar zəhmət çəkib o ağacı qırmasa, mən burada bir yerdə yaşıram, burada bir ağac var idi, o kirayə elədiyimiz evin qabağında. Bunu istirdim kəsəm. Getdim, balta aldım. Gətirdim bu ağacı kəsəm. Yarım saat vurdum, gördüm, yox, mənim gücüm çatmaz, mən bunu kəsəm. Siz görün, o adamlar gərək o qədər bu balta ilə ağac kəsələr, gətirələr bu dağın dibinə qoyalar ki, yəni zəhmət, bədən gərək hər cəhətdən hazırləşə, qol hazırləşə, beyin hazırləşə. Savaş üçün əvvəl beyin. Oradan mən istəyirəm çıxam, mən istəyirəm pan-İranistlikdən çıxam, mən istəyirəm İrançılıqdan çıxam, mən istəyirəm gələm Türk dövlətini quram. Gərək nə eləyəsən?
zəhməti çəkəsən. Qolun, qıçın, belin, buxunun, başın, hər şeyin gərək savaşa hazır ola. Və hər şeydə gərək özünü hazırlayəsən. Ağac kəsirlər, gecə gündüz ağacdan kəsirlər, gətirirlər, yığırlar burada. Qalaqlanır, gedir göyə. Göyə! Gərək bir quru gəl, çünki yaş ağac yanmaz ki. Gərək bir tapasan, bu od vurasın. Gətirirlər, burada od vururlar bu ağaçlara. Yəni, gərək dözləsən, bu ağac quruyub, tamam, gəl, 1 il, 2 il çəkdi, qurudu. Hazırlıqdır da, bunlar oradan çıxmağa hazır, düşmənlə savaş olmağa hazırlıqdır. Rəbani hazırlıqdır. Burada nə olur? Hamı deyir, niyə buradan çıxamırıq? Çıxsaydıq, düşmənlə savaşsaydıq. Bizi niyə burada zindana salıblar? Biz niyə buradan çıxamırıq? Biz gərək buradan çıxaq. Hamıda bir həyəcan var. Olan sən də işlə, niyə az işləyirsən? Çox işlə, gecə gündüz işlə, filan bəhman, malları, heyvanları. Hər halda gətirdə bu dağı əridirlər, yandırırlar, dağı əriyir, gəlir, düşür yerə. Buradan çıxırlar. Çıxırlar, tamam, indi bilirlər. İndi bilirlər ki, biz vətənimizi almaq üçün öldürməliyik, ölməməliyik. Amma ölürsük da vətən üçün, millət üçün öləcəyik. Biz torpaqlarımızı geri alacağıq. O gündən sonra, bu türklər o gündən sonra ya hökumət qruplar, ya da hökumətlərin əsli məsələsi olur. Məsələn, İslam dövründə hökuməti yoxdur türkün, azdır. Orada burada kiçik valiləhlər var, kiçik. Amma gəlir, İslamı qəbul edir və girir, İslam dövlətini alır əlinə. 100 il çəkmir, 100 il çəkmir. Türklər girirlər İslam ordusuna, 50 il də çəkmir, bəlkə 50 il hududən çəkir. 50 il hududən, 50-70 bu hududda 100 il çəkmir. Hər halda deyək, 100 il çəkmir. Girirlər bu orduya. 100 ildən sonra Kollən imparatorluğu getirdirlər hələ. İslam imparatorluğu. Və xəlifə türk olur. Bu iki dünənəcən Öməvi idi, Əbbasi idi, filan idi. Onlar hamısı gedir işində alırsan. Xəlifə türk olur. Yəni, koll bu İslam dünyasının niyə bu cür olur? Çünki türklər girirlər orduya və bunları almaqda qan verirlər. Bunları, əgər bu vətənləri, çünki bunlar deyirlər, biz vətənimizi almaq üçün, buradan bizi qovublar, getmişik orada. İndi oradan çıxmışıq bunu almaq üçün. Güclərlə müttəhid olmalıyıq, bir. Güclərə köməklik eləyək, bunları alsınlar, sonra biz güclərdən alırıq. Baxın, bu da stratejidir. Siz indi məsələn, Amerika bu işi görür, Hindistan bu işi görür, gəldi, Hindistan'da bir tədad adamları aldı, onlar gücləndirlər, gəldi, onların Hindistan'ın hamısını aldı, ondan sonra da gəldi, bizi də aldı, hər yer aldı. Bu əslində şeydir, savaş stratejisidir. Savaş stratejisi budur ki, öz adamların çox ölməyə. Qoymayasın öz adamların çox ölə. Bunun üçün də İran eyni taşlıçı işləməyə çalışır. İran gedir Pakistan'da, Afganistan'da, Azərbaycan Cumhuriyyətində, mütəəssifanə Türkiyədə, Suriye'də, Lübnan'da, Misri'də, Liby'də, hər yerdə ki əlinə gedir. Ərəbistan-ı Suudi'də, Somali'də, Sudan'da, Kuba'da milyardılar dolar pul xərcləyir, ordu düzəlsin. Ordu iki cür olar. Bir bu iki əlinə silah verir, bir də bu iki onu tərəfdar elər. Məsələn, Azərbaycan Cumhuriyyətində onları gətirdi müftə. Neynədi? Azərbaycan Cumhuriyyətinin görün İran hangi strateji ilə gəldi neynədi? Azərbaycan istiqlal tapıbdı Rusiyadan. Çox çətin günlər geçirdirlər. Çörək yox, iş yox, güc yox. Rusiya bunları sömürübdü. Heç kəsə işi başarmır. İşlərin hamısını onlar idarə edirdilər. Filan bəhman. Bu tərəfdən də Ermənistan gəlibdi. Rusiya ilə hə, İranın da əli də var qəziyyədə. Gəliblər torpaqların %25-in 20-sini alıblar. Neynəməlidir? İran gəldi, strateji götürdü Azərbaycan Cumhuriyyətində. Mən Komitəyə İmdadı Xümeyni deyirlər ha, onun şöbələrini açacağım. Burada, Azərbaycanda. Ermənistana silah, sizə də şöbə açacağım İmdad Xümeyni. Gəldi o İmdad Xümeyni'də ayda 30 dolar, 35 dolar hər ailəyə pul verdi. Böyük pul hesab olurdu Azərbaycanda. Çünki pul yox idi. Pul olmayan yerdə insanlar... Ondan sonra dedi, bir də yer almadan zaten gəlin İrandan ala bilərsiniz. Gəlin gedin İrandan alın.
Ne oldu? Bu insanlar ki pulsuzdular, gücsüzdülər. Bunlar gəldilər İrandan ayda $30 böyük pul oldu. Çox böyük pul oldu. Geçinə bildilər. Bu bahis oldu İrana boynu yüklü qaldılar, boşlu qaldılar, mədyun oldular ərəbcə. Türkcə boynu yüklü qaldılar. Boynu yüklü qalanda mən də sənə bir iş görüm. Siz bizə bu lütfü elədiniz. Siz bizə bu lütfü elədiniz. Biz sizə nə cür xidmət edirik? Biz sizdən heç nə istəmirik. Gəlin ki, sizi aparaq biz Quma, İmam Rizanın bacısı orada ziyarət eləyin. Gəlin ki, sizi aparaq Məşədə İmam Rizanı ziyarət eləyin. Gəlin sizi aparaq filan yerə. Tamam. Müftə yemağımızı verəcəksən, işləməyimizi, hoteli, filanı, bəhmanı. Mindilər otobusa. Buradan apardılar Quma. Qumda 10 gün qalacaq, neyini aparır? Orada burada mollalar var. Hər kəs istəsə burada dərs oxusun, dərs biz verərik. Burada sizi aparırıq, burada qoyarıq mədrəsədə. Xanımlar mədrəsəsi var, kişilər mədrəsəsi var. Ayrı-ayrı gələrsiniz, burada eləyə bilərsiniz. Dərs oxuyasınız, biz də xərcini verəcək, yemağız, içmağız bizdən. Adamlar görə tamam, uşaqlarımız, böyüklərimiz yesinə burada oxusunlar. Getdilər Məşədə ha belə, getdilər hər yerə ha belə girdilər. Tamam, ondan sonra gəldilər bunların yanında ideoloji işçilər də. İndi mollalar bunlar üçün, bunlar İranlılar şimdi dərs oxumurlar, bunlara müşəxxəs dərs verirlər. Sonra bunlar, məsələn, siz dövlət niyə qurmayasınız? Siz niyə İslam yoxdur? İslam dövləti qurulmalıdır, vilayət fərqli dövlət qurulmalıdır. İslam dövləti biz yox, biz niyə orada falan bəhmandır? Bunların hamısı yavaş-yavaş boşdudular axı, üzdən də boşlanırlar. Boşluq qaldıqca nə olur? Onu borcunu verməyə çalışır. Tamam, gedək Suriyə biz də savaşaq. Gedək Bəsidə biz də Bəsid olaq. Ya hamı məsələn Bəsid olur, biz Bəsid olmayaq. Hamı silah örgəşir, biz örgəşməyək. Hamı vilayət fərqli şilaslarına gedir, hamı Cəngizədə mənatiqə gedir, nə bilim, görsünlər, şəhidləri görsünlər falan. Amma biz niyə olmayaq? Biz niyə şəhid olmayaq? Bacaq biz də şəhid olaq. Hayda, vida. Gedək Əfqanistanda savaşaq, gedək Suriyədə savaşaq, gedək bizdə savaşaq. Tamam, pul da alırlar, gedirlər ora. Hər nə qədər alsalar qənimətdir, amma gedirlər. Tamam, nə oldu? İran orada bir ordu düzəltdi özünə. Nə ordusu? Şiə ordusu. Hangi Şiə ordusu? O Şiə ordusu ki, Türk Şiəsi ilə heç ilgisi yoxdur. Cəfər Sadiq məktəbi ilə heç ilgisi yoxdur. Hədis əsas, Qur'anla əslən ilgisi yoxdur. Qur'an mən Türkiyədə bunu əxirən eşitdim. Son zamanlarda gördüm ki, Türkiyədə bəzi adamlar deyiblər ki, Qur'an əsasında din qurmaq əbatildir. O halda ki, din Qur'andır. Qur'andan izafə hamısı hədərdir. Hamısı hədərdir. Baxın, Allahın, əgər inansaq, baxın, mən indi burada əgərlə danışıram. Əgər inansaq ki, Qur'an təhrif olmayıb, məncə olubdur. Əgər inansaq ki, Qur'anın təhrif olmayıbdır. Tamam, qəbul elədik. Deyək ki, Qur'anın dediği əlifdən bəyə, əlifdən mimə, nuna, baba, yeyə, hamısı Allahın buyurduğu sözlərdir. Tamam, Peyğəmbər buyursa, Peyğəmbərin sözləri Allahın sözləridir, yoxsa Peyğəmbərin öz sözüdür. Təbii ki, o şey ki, Peyğəmbərin özü deyir ki, bu Allah deməyibdir, o Peyğəmbərin sözüdür. Allahın sözü deyil. Ona qulaq asa bilərsən də, asa bilməzsən də. Çünki Allaha sən qulaq asacaqsan, Peyğəmbəri yox. Sən Allahın dinini qəbul edirsən, Peyğəmbərin dinini yox. Peyğəmbər bəlkə bir şey dedi ki, ağla batmadı. Məncə, Qur'an üçün 3-4 dəfə əl aparılır biçinə və bunu Əllamə Təbai də işarə edir. Bəziləri işarə edir, qorxurlar. Qorxa, amma işarə edirlər. Ki, məsələn, Qur'an 2-3 dəfə deyişilibdir. Hər dəfə deyişiləndə məncə erkəkləşibdir. Mənim nəzərimə hər dəfə şey olduqsa, çünki Peyğəmbər xanımları deyə bilməz vurun. Məsələn, hicab Qur'anda yoxdur. Sadəcə Peyğəmbərin arvadlarına, necə deyir, baxın, Peyğəmbərin arvadlarına Peyğəmbər bir imtiyazlar verir. Allah bir imtiyazlar verir Peyğəmbərin arvadına. O da budur ki, Peyğəmbər öləndən sonra heç kəsin evlənmək haqqıları yoxdur. Çünki hamının nənəsidir. Heç kəsin nənəsi ilə evlənmək haqqı yoxdur. Peyğəmbərin də arvadları müsəlman millətin nənələridir. Onun üçün heç kəs onlarla evlənə bilməz. Bu biri budur. İkincisi budur ki, deyir ki, əl ayaqlarınızı, üzünüzü, başınızı, gözünüzü, tüklərinizi örtün. Ayaqlarınız əllərinizlə üzünüzdən sonra, bir də ayaqlarınızdan sonra heç yer görsənməz. Bu fəqət Peyğəmbərin xanımısıdır. Hətta mücazatı da yoxdur. Hətta Peyğəmbərin xanımısı da bunu örtməsə mücazatı yoxdur. Cəlibdir, Allahın təkliflərinin heç birisində mücazat yoxdur.
Namaz qılmasan mücazatı yoxdur. Oruç tutmasan mücazatı yoxdur. Zəkat verməsən mücazatı yoxdur. Hər şey ki Allah'tan gəlibdir. Baxın dedim, iki yerə böldük da. Dedik ki, bir Allah'ın, əgər qəbul eləsək ki, Qur'an kəlmə-kəlmə, hərif-hərif, la, mim, sad, Allah'ın tərəfindən gəlmişdi, onlar dindir. Amma əgər qəbul eləsək ki, Peyğəmbərin ağzından çıxan Peyğəmbərin sözü, Allah'ın sözü deyil, o din deyil. Din, Peyğəmbərin dedikləri, Peyğəmbərin dedikləri, Allah'ın dediği deyil. Sizin dininiz Allah'ın dediğidir. Kur'an. Ama indi bir tane Müslümanlarda bir şey yaradıblar. O da budur ki, hətta Şiələrdə bu var. İnanırlar ki, Kur'an təhrif olubdur. Və İmam-ı Zaman gələndə Kur'anın, əsli Kur'anı gətirəcəkdir. Şiələrin bir parçası beləsi inanır. Yəni inanırlar ki, Kur'an təhrif olubdur 4 yerdə. Bəlkə sembolik olaraq 4 mərhələ ki, Qur'ana əl aparıblar, onu deyir. Amma bilmirəm. Hər halda belə bir şey var. Yəni, belə bir şeyə inanırlar. Əksəri Şiə müctehidləri inanırlar ki, Qur'an təhrif olubdur. Bunu da belə deyirlər. Deyirlər ki, İmam-ı Zaman gələndə əsli Qur'anı gətirəcəkdir. Yaxud ya Qur'an təhrif olubdur, əsli Qur'an İmam-ı Zamanda gətirəcəkdir. Ya da ki, demirlər burasını. Ya da ki, təhrif olubdur da. Yəni onu biraz üst örtülü. Deyir, təhrif olmayıbdır, yox. Qur'anı Allah deyibdir ki, Qur'anı mən hifz eləyəcəm. Onun üçün də İmam Zamanın yanındadır. Hər halda İran belə bir siyasət götürdü, strateji götürdü, beyinləri yıxamaq üçün və onlardan özünə ordu düzəltmək üçün. Birindən də pulla, gələ Əfqanistanda da bu cürdür, Pakistanda da bu cürdür, Yəməndə də bu cürdür, Suriyədə də bu cürdür, Libidə də bu cürdür, Mərakeşdə də bu cürdür, Sudanda da bu cürdür, Somalidə də bu cürdür. Hər yerdə İran gəlibdi, görüb ki, insanlar kasıbdılar, iş yoxdur, güc yoxdur. Bunlara mən bir pul verim. Tamam, onlara ayda məsələn bir pul veribdi, ildə bir şey elənir. Amma 2 ildən sonra, 5 ildən sonra onların hamısı boynu yüklü olurlar İrana. Göylüləri istəyirlər İrana bir iş görsünlər. Biz nə eləyə bildik? Gəlincə də siz aparın Quma, Məşədə, gətirirlər burada Kərbəliyə. Bunları dolandırırlar. Get burada dərs oxu. Tamam, burada dərs oxusunuz, müftə oxuyacaqsınız. Yemağınız, içmağınız da bizdən də, yatmağınız da burada yatmaqda verəcəyik. İstəsəz evlənəsələr də fətva verəcəyik. Bu ərəblərlə, filanlarla, bəhmanlarla evlənmək savabdır. Hər kəs sizlə də evlənsin. Hətta bu xanımlar ki, gəlib bu Hovzə-i Elmiyədə bunları siğə elər. Sizdə ölənlərin, şəhidlərin, arvadların sizə siğə elər. Şimdi bunları qəbul eləməz ki. İndi mənim bu günləri məsələn Misr desə ki, sənə burs veririk. Gəl burada müftə dərs oxu, mən gedərəm. Mən şəxsən 58 yaşım var, dururum gedərəm. Niyə getməyim ki? Həm bir şey öyrəşəcəyəm, həm də yaşayacağam. Bunun zərəri varmı? Hə, Əraq desə getmərəm, çünki Əraqda şey var. İran var, getsəm orada öldürər. Amma ondan sonra gedərəm. Yəni belə bir şey, boynu yüklük gətirər. İnsanlar ki, gəliblər Kanadaya, Amerikaya pənahənd olublar, boynu yüklüdürlər. Yəni Kanadalılardan çox Kanadalı olurlar. Amerikalılardan çox Amerikalı olurlar. Çünki bu gərək isbat eləyir ki, mən bura vəfadarım. Mən sənə borçluyam, bu borcunu ödəyəcəm. Onun üçün də görürsünüz, Əfqanlılar Əfqanistanın savaşa gedəndə Kanada ordusunda Kanadalılar Əfqanlıları istihdam edirlər, apardılar Əfqanistana. Yaxçıda pul verirdilər. Adamlar yürürdü. Əfqan dilini başarıram, kültürünü başarıram. Orada da bir az da olsa Əfqanlara da bir xidmət elərəm. Hər halda indi qeydaq ki, İran bir strateji götürdü. Necə beyinləri yıxım, necə ordu düzəldi. Çünki bunlarda misal vurduq. Hər yerdə gəldi kasıb insanlara. Çünki bir dənə də misal deyirlər, bu da gözəldir. Deyirlər ki, bir məmləkət şey olanda, savaşa girəndə hərə bir şey verir. Onlar ki, pulludular, onlar pul verirlər. Karxanalar silah verirlər. Kasıblar uşaq verirlər savaşa. Bu bir baxanda bir cürə doğrudur. Əlbəttə bilirik ki, pul qazanmaq çox çətindir, pulu vermək yap çətindir. Onun üçün də pulu vermək özü, məsələn, karxanalar pul verirlər, təbii ki, məsələn, uşağın qoymur keçsin, amma deyir, mən pul verirəm. Çünki o pulu qazanmaq, məsələn, kasıb adamlar o pulu qazanamırlar, vaqiyyət budur da. Və pula ehtiyacları var.
Pulsuz da savaş olunur. Kasıbın da pulu yoxdur. Kasıb uşağın verəcək. Pullu pulun verəcək. Karxana sahibi da silah düzəldəcək. Hər nə şey o karxanadan çıxır, ondan verəcək. İndi mən çox uzatdım. Qeydim şeyə dostlar. İranla İsrail savaşsa nə edəcəyik biz? Biz Güney Azərbaycanda, biz Qəşqailər, biz Türkmənlər, Ərəblər, Bəluçlar nə edəcəyik? Deyək ki, İsrail, İran vurub İsrailindi. Düz ya yalan? Orası mühüm deyil. Dedim, o bizim məsələmiz deyil. 300 dana silah atıbdı, 1 milyard xərcləyibdi, 500 milyon xərcləyibdi. Bunlar bizim dərdimizə dəymez. Bunların hamısı bizə caydırıcıdır. Bizə mühüm deyil. Bizə bu mühümdür ki, əgər İsrail İranı vursa, ki vuracaqdır, vurmalıdır. Niyə İran oranı vurdu? Çünki İran içəridə və dünya səndə bir dənə məşruiyyəti getdi zero sual. Sualın altına getdi, sual əlamətinin altına getdi ki, İran. Sənin generalları öldürüblər, 20 general öldürüblər. Sifarətin yanında, sifarəti əslində bir parçasını vurublar. Və sən dinmirsən. Sən orada, mən deyirsən Filistinlər ölür dinmirsən. Yəməndə ölür dinmirsən. Orada ölür dinmirsən. Burada öldürürlər dinmirsən. Sən özünü də adamları da öldürüblər, sən dinmirsən. İçəridə bəsicilər də soruşdular, pastorlar da soruşdular. Sən axı nə edəcəksən? Mən də soruşdum. Hətta mən soruşdum bunu ki, İran nə edəcək? Niyə eləmir? Əbdə mənim Allahımdan diləsin. Mən gecə-gündüz dua edirdim ki, İran yenə də dua edirəm, İran savaşa girsin. Çünki bizim düşmənimizin zəiflənməsi bizim güclənməmiz anlamındadır. Və bizim düşmənimiz Farslar və İrandır. Gecə-gündüz dua edirdim. İndi də dua edirəm. Mən hətta bir dostlarımızla bir toplumumuz var idi. Mən o toplumda təklif elədim ki, İsrail dövlətinə xitab bir namə yazaq ki, biz İrandan müxalifuq, biz istiqlal istəyirik, biz işğal olmuşuq İran və Fars əli ilə, amma sənin də tərəfindəyirik. Amma lütfən İranı vurursan, Azərbaycanı vurma. Və denən ki, radio televizyonundan denən ki, hər kəs Azərbaycana getsə, əmandadır. Əgər Azərbaycanda sipahi pasdaran ya hər yer, oradan bizə muşək atlar, biz o muşək atan yeri vuracağıq. Bizim Azərbaycanlılar və Türklər, o adamlar ki, Azərbaycana pənah aparıblar, onlar sipahi pasdaran muşək atan yerdən uzaq dursunlar. Tamam, qutardı, getdi da. Mənim öz təklifim buydu. Ki, biz İsrailin tərəf, əlbəttə mən şəxsən deyirəm, çünki Azərbaycan, İran Ermənistandan himayət elədi. İsrail Azərbaycan Cumhuriyyətindən himayət elədi, Azərbaycan torpaqlarını azad elədi. Bunun üçün mən deyirəm ki, mən buna İsraildən himayət eləmişəm Qəzzə savaşında. Siyasi olaraq. Qəzzəlilərin haqqıdır, ora vətənləridir. Amma siyasi olaraq üçün İsrail boynunda yük var da bir dənə. Farsda deyir, nəməkgir. Duz yedik, duzdanı sındırmayacaq. Onlar bizə orada himayət elədikləri üçün biz də burada onlardan himayət elədik. Mən şəxsən özüm. Özdə görürsünüz, mütəzadlıdır. Eyni halda ki, deyirəm, onlar vətən sahibidirlər, orada qalmalıdırlar. Eyni halda da deyirəm ki, İsraillərdən də himayət edir. Orada. Amma indi də deyirəm ki, əgər İsraillər qərarlıdır, İranı vuralar, bu işi görə bilərlər ki, bir dənə bəyaniyyə verə, İsrail deyək ki, hər kəs Azərbaycana getsə, əmandadır, biz Azərbaycanı vurmayacaq. Azərbaycanda da Azərbaycanlılar, əgər gördünüz ki, bir yerdən İsrailə muşək atır sipahi pasdaran, oradan uzaq durun, biz oranı vuracaq. Tamam. İndi İran Suriyə öz torpaqlarından birinci dəfə tarixdə öz torpaqlarından İsrailə muşək atdı, təyyarə göndərdi, hər neynədir. İsrail qoymasa biri də gedə düşər. Çünki indi mən Türkiyənin generallarının birinə qulaq asırdım, televizyonda danışırdı, qulaq asırdım. Deyirdi ki, onların
Bir belə bu qombədi ahənin deyirlər ha, günbəz, dəmir günbəz. O dəmir günbəzin deyir ki 32.000 muşəki var. Hazır. 32.000 dana İrandan muşə təyyarəcəsi onlar vura bilərlər. Kompüterlə də, əllə də deyil ki, deyəsiniz ki, sərbaz bunu falan eləyəcək. Yox, sərbazlar maşınla gətiriblər, yığıblar ora. Onlar da o muşəklər səhvdə durublar. Kompüter gələn muşəkləri bu SİHA deyirlər Türkiyədə, İHA, SİHA. Təyyara, çıxdılı təyyaralar ki, özlərini partlatmaq üçündür. Gedib vuramırlar. Bunlara Japonda da bir adı vardı. Özlərinin intihari bir şeydilər. Qabağında bir belə fırlanan pərvanəsi vardı. Bu fırlanır. Onlar gedir orada özün vurur. Məsələn partladır özün. Çıxdılı təyyaradılar. 40 kilo, 30 kilo, 15 kilo deyirlər ki, partlayıcı yük apara bilir özü ilə. Nisbət o birisi silahları üzrə 25.000 dolar, əlbəttə bunların xərcidir. Yəni çox da ucuz deyil. 25.000 dolardır. 25.000 dolarla Təbrizdə bu günləri ev almaq olur bəzi yerlərində. Kasıblar ev ala bilərlər. Yəni məsələn, hələ onlardan çıxaq. O mühasibələr dedim şeydə, bu indi əlan görsün mən girdim. Bu toğlayıcı, bu caydırıcı bir məsələdir. İndi deyək ki, bu 300 dana İsrail eləyə bilərdi vursun, vurmadı. Bir teydadan vurmadı. 8 danasını zaten güya vurmayıbdı. Bu 8 dana düşüblər çölə. Biri də düşüb bir dana padigana. Zahirən belə nəzər gəlir ki, biri düşüb bir padigana, ya bir o padiganda təyyara bandı var imiş. Güya düşüb ora. Adam ölməyibdi. Adam yaralanmayıbdı. Bir dana qız, ərəb müsəlman qız çöldə. Özdə İsrail çölündə yox. İsraildən kənar çöldə düşübdü. Biri dəstişəsə Şirazda düşüb, orada burada düşüb, yəni Kirmanda düşüb, Yazda düşüb, harda düşübdü, bunlar düşüblər, yolda düşəcək, Əraqda düşüb, Simə ilişibdi filan. Bəhman gedib bu cüzü. İşimiz bunların yox, dedim bunlar şeydir. İsrail o 8 dananda qoymaz düşsün. Amma niyə qoyub düşüb? Buna görə ki, İsrail onları istinad eləyər. Onlara əsasən deyək ki, mən xətər deyəm və İran vuraq. İranı da vuracaqdır. Amerikanın riyasət cumhuri intixabatı vardı, seçkiləri vardı, onun üçün istəmirlər savaşa girələr, nə bilim Rusiya oradadır, istəmirlər Rusiya ilə bir dənə ayrı cibhə açarlar, Rusiya güclənə, o da bir məsələdir. İstəmirlər ki, birdən məsələn Çin bir cibhə aça, o da bir məsələdir, amma onların hamısı İsrailin dərdinə dəyməz. İsrailin dərdinə dəyən nədir? İsrail dövlətinin siyasətləri və bu ki, düşmənin yavaş-yavaş ayaqlarını yıxır. Əvəzinki gedə orada burada çıqqılı düşmənlərlə savaşa bir dəfə gəlsin, böyük düşməni vursun, ya təslim eləsin, ya da bir dənə savaşa girsin, yıxsın. Gec-tezi də bu savaşa girəcəkdir. İndi də vurmasa, Amerika qoymasa seçkilərdən sonra bu savaş olacaq. Ya 2024-də savaşa girəcək, ya 2025-də, ya 2026-da bilğərə girəcək bu savaşa. Yəni bu savaş olacaq. Çünki indi niyə? Dedim necə İranın prestiji orada hamı soruşdu ki, niyə vurmursan? Pastorlar soruşdu, sən niyə vurmursan? Sən 20 dənə vurursan, sənin generalı vurubdur, sənin deyirsən ki, mənim atom mərkəzlərimi partladıblar, sən deyirsən ki, mənim atom danışməndilərimi, bilicilərimi, bilginlərimi öldürüblər, terror ediblər, niyə bəs vurmursan? İran sonunda bu işi gördü. Və bu işdə İsrailin nəfinə tamam oldu. İsrail ki, dünyada münzəvi olmuşdu. Amerikada da səs çıxmışdı əleyhinə. Dünyanın hər yerində səs çıxmışdı. Səsi qazandı. Hamı qeyddə dalısında durdu. Hətta silah, pul verməyə də hazır oldular. İndi İsrail buranı vuracaq, İranı vuracaq. Bugün vuracaq, səhər vuracaq, 10 gün sonra, 5 ay sonra, 3 ay sonra, 1 il sonra bilmirəm. Vuracaq. Bəlkə də indi 1-2 dəfə vuracaqdı. Çünki İsrail içindəki milləti deməlidir. İndi orada deyirlər, nə oldu? Sən dünəndən deyirdin ki, mən çox güclüyəm. Ərəblər gəldilər üstümə, hamısını yıxdın. O 40 il bundan qabaq tamam ərəblər getdilər üstünə, hamısını yıxdı. Bir yol. Sən deyirdin ki, heç kəs mənim vura bilməz. Bəs gördün, bunların müşəklər gəldi. Burada bizim əmniyyətimiz yoxdur. Sən nə cür bir dövlətsən, zəifsən. Yəni bu dövlət sabit eləyən millətinə deyək ki, yox mən güclüyəm, İran mənə vura bilməz. Mən İranı vuraram. Biri bizə bir silli vursa, biz ona 100 dana muşək vururuq. Sillisinə muşək vururuq. Gərək vursun. İranı vuracaq. Yolu yoxdur. Geci, tezi vuracaq. Mən
Bu fikrin üstün deyiləm, çünki prestiji xətərdədir. Həm içəridə, həm beynəlmiləl səviyyədə. Yəni indi əgər vurmasa mən də deyəcəyəm ki, ola bax bu deyəcəm deyirdi ki, mən məsələn hamı deyir bunun 100 dana bomba həstəsi vardı, atom bombası vardı, 200 dana təyyarası var, bir belə muşəki var, bunun belə pistoları var, bəhmalı var. Bu rahatlıqda İran 300 dana muşək alıb 8-i düşübdür. 10.000 dana muşək alsa, məsələn 1000 danası düşər ora. Yəni 2,5% düşəndə 10.000 danada 2500 dana muşək gedər düşər ora. Tamam 10.000 dana muşək atsın, İran 2500 danası düşsün Tel Avivdə adam qalmaz. Onun üçün İsrail prestijini qorumalıdır. Nə mənə buracan iddiası vardı, onu qorumalıdır. Onun üçün İrana həmlə eləməlidir. İrana həmlə eləyəcək. Tamam. İndi bildik. Biz bildik ki, Ergenekon yox. Biz bildik ki, farslaşmışıq. Biz bildik ki, İran bizi işğal edibdir. Biz bildik ki, bizi vətənimizdən qovurublar. Bizim mənafeyimizi, mənabeyimizi dağıdıblar. Gölümüzü, Urmu gölümüzü aradan aparıblar. Vətənimizi aparıblar. İşsiz, ac saxlayıblar. Bizim rifahımız yoxdur, əmniyyətimiz yoxdur. Bunlar bildik. Biz indi bu vəziyyətdən çıxmalıyıq. Pan-İranizmin kölgəsindən, İranın kölgəsindən, Fars dilinin özünün kölgəsindən çıxıb müstəqil olmalıyıq. Bunu da bilirik. Bunu da bilirik ki, təhd canına zorumuz çatmaz. Zorumuz da çatsa gərək bu riski girməyək. Təhd canına savaşa girməyək. Çünki İsrail də təhd canına girməyəcəkdir İranla savaşa. Çünki İran da təhd canına girməyəcəkdir savaşa. Çünki indiyəcən İran İsraillə savaşırdı, amma özü müstəqim yox. Bəli, amma nə mənə ayrı adamlara pul verirdi, silah verirdi, deyirdi siz savaşın. Mən pul verim, siz gedin ölün. Amma indi İsrail dedi ki, sən də gəl öl. Mən səni də öldürəcəyəm. Və onlar da dedilər, Suriyədə də, Filistində də, Yəməndə də dedilər ki, axı təhniyə biz ölək, sən də gəl öl. Sən də şərik ol, sən də savaşa gir, niyə girmirsən? İndi İran bu savaşa girməlidir. Məcburdur. Yəni dünya İranı soxacaq savaşa. İran bu 2-3 ilin içində İran kamilən Saddam Hüseyn dövründəki gəldilər, Saddam Hüseyn getdi Kuveyti işğal elədi. O gündən Saddam Hüseyn nə oldu? Aradan getməyə başladı. Bir neçə ay çəkdi, dünya yığışdı, Amerika kimi güc tək gəlmədi Saddamı vurmağa. Fransa da getdi, ərəb məmləkətlərin hamısı, ərəb məmləkətləri başdan ayağa gəldi. Müsəlman məmləkətləri hamısı gəldi. Türkiyə də belə getdi. Hamısı gəldilər, əl-ələ qoydular. Saddam Hüseyni vurdular, yıxdılar. 40 gün içində, 45 gün içində Saddam Hüseyni yıxdılar. Bizim də gücümüz, əvvələn silahımız yoxdur, savaş təcrübəmiz yoxdur, komutanlarımız yoxdur, fərmandehlərimiz yoxdur, başlılarımız yoxdur, çıxmayıb ortaya. Yoxdur deyil, çıxmayıb ortaya. Çünki biz silahlı millət deyilik, mütəəssifانه. Biz Ergenekonda biz silahlanmamışıq, biz savaşa hazırlanmamışıq. Bizim fizikimiz belə dağa çıxmırıq hər gün, hər həftə. Xanımımızla, uşağımızla, hətta belə futbol meydanına gedəndə xanımımızı aparmırıq, qızımızı aparmırıq, nənəmizi, bacımızı aparmırıq. Bu bizim zəfimizdir. Biz millət olaraq xanımları qırağa qoysaq uduzarıq. Tarix boyu bu cür olubdu, yenə bu cür olub. Nə etməliyik? Biz nə etməliyik? Sabahları gecə yatdıq. İndi orada gecədir. Gördük ki, ajir çəkirlər, müşəklər tökülür. Vurdular. Radyonu açdıq, gördük ki, diqqət buyurun, senaryoda. İndi buradan bu üzrə kaş tabloyu gətirdim, senaryodan danışır. Çünki indi buradan bu üzrə girirəm əsli məsələyə. Bizim İranda başımıza nə gələcək? Onun məsələsinə girirəm. Bir bu ki, biz bu iştibahı elədik və elirik, məncə. Azərbaycan siyasilər bu iştibah edirlər. Biz gərək İsraildən istəyirdik ki, İranı vursan, Azərbaycanı vurma, Qəşqayıstanı vurma, Türkəmən Səhranı vurma. İlla o yerləri vur, məcbur olsan o yerləri vur ki, oradan sənə güllə atırlar, oradan sənə muşək atırlar. Tamam, onları vur. Amma bizim millətimizi vurma, bizim xiyabanlarımızı vurma, bizim körpülərimizi vurma, bizim enerji mərkəzlərimizi vurma, bizim
bərq mərkəzlərimizi vurma, bizim xəstəxanalarımızı, bimaristanlarımızı vurma, bizim fabrikalarımızı vurma, karxanalarımızı vurma. Bu iştibahi eləmiş. Bir. Məncə, hər zaman yeri vardı iştibahda dönmək. Gələk bu iştibahı, məsələn, 10 nəfər də olsaq, kağız yazaq, imzalayaq, deyək ki, mən adım budur, şöhrətim də budur. Biz Güney Azərbaycan olaraq, türklər olaraq İranda farsların hakimiyyəti altındayıq, işğal altındayıq. Biz savaşa hazırıq, istəyirik ki, İran rejimi yıxılsın. Biz də istiqlalımızı ələ gətirək. Biz silahlı olmadığımız üçün sizin kənarınızda dura bilməyəcək, İrandan savaşa bilməyəcək. Amma bizim lütfən torpaqlarımızı sülh məntəqəsi elan edin. Bir tərəf məntəqə elan edin. Bizim torpaqlarımızı vurmayın. Bizim əsli binalarımızı vurmayın. Bizim millətimizə zərər yetirməyin iqtisadi olaraq. Bir, bu işi gərək görəydik, görməmişik. İkinci işi gərək görək. Budur ki, gecə yatdıq, gördük ki, səhər muşəkindən vurdular İranı. Təyyarələr gəldi, bombaran elədi. Haraları bombaran eləyəcəklər, dostlar. Əvvəl bunlara diqqət edək. Əgər dostlar, bunları yoldaşlarınıza, famillərinizə, həmvətənlərə yetirin. Əgər İsfahanda, Şirazda, Yəzdə, Tehranda, Kərəzdə, Simnanda, Əraçda, Bəndər-Abbasda, hər yerdə bir türk yaşır, onlara deyin ki, o yerlər ki, orduya yaxındır, atom mərkəzlərinə yaxındır, onlardan uzaqlaşın. Padiqanlardan uzaqlaşın. Köçün, gəlin, gedin kətlərinizdə yaşayın, ta bu savaş qutarsın. Eviz qalsın orada və hər şeyiniz qalsın orada. Köçün, gəlin, gedin kətlərdə, Azərbaycanın kətlərində yaşayın, qoyun savaş qutarsın. Çünki o muşəklər mümkündür, gələ bomb sizə də düşər. Yəni, İsrail bombu vuracaqdır, bombudur da. Məsələn, düzdür, çalışacaqlar ki, düşsün Spah-Pastaranın muşək mərkəzinə, düşsün Padiqanına, düşsün, məsələn, orada bərq idarələri vursunlar, su idarələri vursunlar, sədləri vursunlar, körpüləri vursunlar, pomp benzinləri vursunlar, benzin məxzənləri vursunlar. Bunları eləyəcəklər. Əlbəttə, xiyabandakı pomp benzinləri də 1-2 günə sonra qutaracaq. Haları vuracaqlar. Bərq reaktorları, bərq toli, hər yerdə ki, bərq toli də olur, Gəli şəhəri, onları vuracaqlar. Pəs birincisi elektrik. Elektriki vursalar, şəhərdə gəlgit dayanacaq, pomp benzinlər işləməyəcək, maşınlar, əməllər hərəkət eləməyəcək. Benzin qutardı, qalacaqsınız. Generatorlu olan bir benzini olduğu qədər generatorlar işləyəcək. Amma ondan ki, benzin qutardı, generatorda yoxdur. Apartmanlarda yaşayanlar gedib üstə gələ bilməyəcəklər. Su çatmayacaq. Su məxzənlərin bəlkə vuralar. Vurmazlar əvvəl mərhələdə, amma məcbur qalsalar su məxzənlərin, ya sədləri vuracaqlar. Yəni, məcbur qalsalar. Vurmazlar, əvvəldə vurmazlar. Xəstəxanaları vurmazlar əvvəldə, amma məcbur qalsalar ərteşin xəstəxanalarını vura bilərlər. Ya ərteş dediyim, yəni kollən pastar, hər yer. Spah-Pastaranın mərkəzlərini vuracaqlar. Padiqanlarını vuracaqlar. Ehtimalən idari mərkəzləri, ustandarlıqlardır, idari ittilaatlardır, bunları vuracaqlar. Ehtimalı çox yüksək olaraq fərmandarlıqlar vurulacaqlar. Vizarətxanalar vurula bilər, Riyasət Cumhuri vurula bilər, ehtimalən Xameneyinin evi vurula bilər. Onun üstündə Xameneyi 2 gündə oradan çıxıb gedibdir. Ərz edeyim xidmətinizə. Və Xameneyinin evinin əlbəttə qabaqcanda var idi. İndi onun dövrəsində daha çox muşək aparıblar, qoyublar ki, təyyarəzat gəlsə. Çünki deyirlər, İran da bunu hesab edir ki, əgər məsələn birdən İsrail gəldi bura, 10 dana təyyarə istədi Xameneyinin evin, məclisi, Riyasət Cumhurini vura məsələn. Ora görə orada çox muşək qoyublar ki, məsələn, onlar gəlsinlər, onları vursunlar. Təyyarəzat da indi Tehranda bilirsiniz, bəzi yerlərdən getmir da, indi çox yerdən getmir. Hər halda, indi gecə yatdıq, səhər durduq, gördük ki, İran bərq yoxdur, radio televizyon işləmir. Ya məsələn, Təbrizin radio televizyon Tehranın işi işləmir. Durduq, gördük ki, bərq yoxdur. Durduq, gördük ki, pomp benzinləri vurublar. Durduq, gördük, nirugahları vurublar. Durduq, gördük ki, bu
benzinli zadı saxlayırlar ha palayışqahın yanında. Palayışqahları vurublar. Bu cür şeyləri gördük. Neynəməliyik? Biz neynəməliyik dostlar? Biz neynəməliyik? İçəridə təşkilatlaşmışıq. Təşkilat dediyim bu deyil ki, hizbi qurasınız. Əgər məsələn öz məhəllənizi qorumağa 4-5 nəfər tanıdığınız adam vardı ki, ürəkbir olasınız, biləsiniz ki, bu casus deyil, bu düşmən deyil, əl-ələ verib biz məhəlləmizi qoruyacağıq, şəhrimizi, kəndimizi qoruyacağıq. İndi Sipah-Pasdaranın padğanları vuruldu. Ərteşin padğanları vuruldu, vurulacaq. Yəni bunlar yox, Niru Dəryayı vurulacaq, Niru Həvayı vurulacaq. Şeylər vurulacaq, nədir bu? Furudgah deyirlər İranda, hava limanları. Bunlar vurulacaqlar. Gəmilər vurulacaqlar. Bunlar vurulacaqlar. Bunlar sözü yoxdur. Vuracaqlar. Ya bu il, bu gün vuracaqlar, ya bir il sonra, ya 2 il sonra vuracaqlar. Bunlar vurulacaq. İranın bir dana təyyarası göyə gərək qalxa bilməyə. Bir dana gəmisi gərək suda gedə bilməyə. Bir dana tancı gərək hərəkət eləyə bilməyə. Bir dana muşa çaparan maşının gərək imkanı olmayan muşa çaparan. Yəni, bu sistemi belə fələc elərlər də. Bir dana padğan qalmıyor ki, orada fərmandehlər deyərlər ki, biz başımızı buradan çıxadacaq, görək ki, göydə nə olur. Bir dana radar biri qalmıyor ki, görərlər ki, bunlar təyyara gəlir, muşək gəlir, bunlar görə bilməyərlər. Məncə bu olacaqdır. Deyirəm, kaş mən səhv elədim, nəqşə qoyaydım və bunları hazırlayaydım, bunları mən şeyin üzü ilə deyəydim. Gecə yatdıq, səhər durduq, gördük ki, yollar bağlıdır. Padğanlar vurulub. Neynəməliyik? Bir, qaçın padğanlardan silahlar götür. Silah deyəndə Klashinkov götürməyin, ha, böyük silahları da götürün. Bazuka da götürün, RPG də götürün, nəmə, bunları götürün, daşıyın evlərinizə. Silahları, bir dana silah götürsəz, 10 cəbə fişək götürün. Bir dana JS götürdün, bir dana Klashinkov götürdün, 10 dana bunun fişənci götür, 10 cəbə. Məsələn, neçə min dana, məsələn, 10 min dana fişək götür hərəsinə. Əgər RPG götürdün, 50 dana RPG, 100 dana RPG gülləsi götür. Hər nə mənə, o tank oradadır, tankı min götür apar. Apar bir yerdə gizlə. Bir kətdə, bir dağda, bir yerdə üstünü ört, gizlə. Saxla. Pəs birincisi müsəlləh olmaqdır. Birincisi budur ki, Azərbaycan milləti, Türk milləti hər yerdə olursa, Qəşqailər, Türkəmənlər, Xəlitslər, hər yerdə türk var, gedib silahları götürməlidir. Çünki biz silahı götürməsək, düşmənlər götürəcək haman silahları. O silahları o şəhərlərdə düşmənlərimiz götürməsin, özümüz götürək. Məsələn, Urmiyyədə Ərteşi vurdular, Sipahı vurdular, indi ya biz götürəcək, ya kütlər. Çünki silah ən böyük gücdür və qorucu gücdür. Silahı olmayan ölməyə məhkumdur. Niyə deyirik İsrail İranı vurar? Niyə Amerika? Çünki silahı çoxdur və güclü silahı var. Biz də birincisi silahları alacaq. İsrail vurdu, tamam. Qaçın, arvadlı kişili. Onun üçün deyirəm, biz yerə xanımlarımız yox. Çünki biz özümüzü qorumağa məcburuq. Bizim xanımlarımız deyə bilməz ki, yox, mən uşağım ac qalır. Uşağın ac qalsın, amma diri qalsın. Onun üçün silah götürməlisən. Silahı örgəşməlisən. Evdə hamı bir-birinə silah örgədəcək. Hər kəs buradan bəsistə, orada, burada gedib dövrə görməyibdir. İndi gərək həman gün örgəşə, ondan sonra da keşik. Hər məhəllədə keşik duracaq. Bölələr. Hər məhəllədə bir nəfər, 2 nəfər lider olmalıdır. Lider, o məhəlləni tanıyan, hamı etimad edən milli fəalları gərək çıxalar üstə. Tamam, keşikləri qoyacaq. Şəhərin dövrəsində keşiklər, dağlarda keşiklər. Əgər Kürtlər falan dağdan gəldilər, Farslar falan dağdan gəldilər, biz biləcəyik. Tamam, işarə eləyəcəyik, vurun. Şəhərimizdə difa eləmək. Bəs biz İsrail ilə İranın savaşı bizə bir nemət ola bilər. İstiqlal, azadlıq. Əgər radyomuz, diqqət buyurun, yuxudan durduq, gördük ki, əvvəl neynədik? Padğanlardan silahları yığdıq. Padğanları ya da ələ getdik. Getdik padğana, fərmandehinə dedik ki, sənin padğanı vurublar,
Ya Kürdlər alacaq, ya biz alacağıq. Biz bu silahlar bizə lazımdır. Sərbazların bizim ixtiyarımızda olacaq. Biz bu şəhrin 10 dana, 20 dana, 50 dana milli fəalı yox. Bu şəhrin idarəsi bizim əlimizdə. Sən bizlə işləyəcəksən. Sən bizə vəfadar olacaqsan. Ya o cürsü, o padiqanları, o sərbazları alacağıq əmrimizə, ya da özümüz, hamımız sərbazlarımızı ötürün getsin, silahlar bizim. Bu cür, gərək bunu eləyək. Baxın, taarruf götürməz. Yox, mən qorxuram, yox. Milli fəallar, onlar ki, siyasətə giriblər, zindana giriblər, bunlar gərək bilərlər vəzifələri nədir buradan bu üzrə. Vəzifə budur, milləti qorumaq. Birincisi, millətimizi qorumaq. Nədirdir? O silahları, o padiqanları bizim əlimizə keçməlidir. O sərbazlar bizimlə işləməlidir. Bizim sərbazımız olmalıdır, bizim ordumuz olmalıdır. Əgər bizim ordumuzu qəbul eləmirsə, geçsin evinə. O fərmandeh, o sərhəng, o timsar, o sipəhbud, o hər kəs ki vardır, geçsin evinə. Bizim üzümüzə silah çəkməsin. Bizim üzümüzə hər kəs silah çəksə öldürəcək. Çünki bizim üzümüzə silah çəkən bizi öldürmək istir. İndi bu Farsa vəfadar olan Türk əskeri olsun, fərmandeh olsun, timsar olsun, sərhəng olsun, sərtif olsun, hər nə olur olsun, ya da ki, Kürd olsun. Fərq eləməz. Türk olub, Kürd olmağı fərq eləməz. Hər kəs bizim üstümüzə silah çəksə düşmənimizdir. Biz onu öldürməliyik. Çünki ya biz öldürəcəyik, ya o öldürəcək. İki dana yol, üçüncü yol yoxdur. Onun da əvvəl yolu budur. Biz onlara deyəcəyik ki, İran dövləti süqut elədi, İran dövləti zəiflədi, biz istiqlalımızı elan edirik. Eyni halda ən başda gələn şəhrin tanınmış adamları radio televizyonuna gedəcək. Radio televizyonları ələ keçirdəcəklər, hər kəsin öz şəhrində elan edəcək. Bura Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Güney Azərbaycan Türk Cumhuriyyəti. Məsələn, bura Təbriz Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Ərdəbil Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Səlmas Güney Azərbaycan. Bura Urmiyə Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Qəzvin Güney Azərbaycan Türk. Bura Zəncan Güney Azərbaycan. Bura Əbhər Güney Azərbaycan. Hər yerdə. Bura Kərəc Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Tehran Güney Azərbaycan Türk Cumhuriyyəti. Yəni çıxmırıq. Bura Ərak Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Şiraz Güney Azərbaycan Türk Cumhuriyyəti. Qəşqaistan Türk Cumhuriyyəti. Bura Türkmən Səhra Türk Cumhuriyyəti. Biz radio televizyonu bir yerdən alacağıq əlimizə, padiqanları bir yerdən. Bir yerdən silahlanacaq, bir yerdən radio televizyonu əlimizə getsəkdir. Bila fasilə gərək radio televizyonu getsək əlimizə. Və oradan millətimizə deyək, İran Cumhuriyyəti, biz Cumhuriyyət elan elədik, istiqlalı elan edirik. Orada hər şəhər öz istiqlalını elan eləsin. Hər şəhər öz istiqlalını elan eləməlidir. Və millət adına Güney Azərbaycan Türk Cumhuriyyəti, Türkmənistan Türk Cumhuriyyəti, Qəşqaistan Türk Cumhuriyyəti. Cəmiyyətin çoxluğu, azlığı dövlət təyin eləməz. İradə təyin elər. İradə eləyirik ki, bu şəhərdə biz quraq və bu şəhərdə silahları getirdəcək əlimizə və düşmənimizlə savaşacaq. Düşmən hər kəs olacaq. Və ondan sonra keçəcək, yürüyəcək. Əgər belə olsa, yürüməyə gərək başlayaq. Öz şəhrimizdə özümüzü mühasirə edib qalmamalıyıq. O birisi şəhərlərə deməliyik, biz istiqlal elan elədik, bizə ehtiyacımız var, gələk. Ondan sonra bir dana liderlər yığışacaqlar bir yerə, milli fəallar, liderlər, şimdi dostlar, milli fəallar. Milli fəallar. Milli fəallar bizim liderlərimizdir. Onlar ki, zindan çəkiblər, onlar ki, çətinlik görüblər, onlar ki, bizim liderlərimizdir. İndi ki, bu mərhələnin liderləri bunlardır. Bunlar ordunu düzəldəcəklər, davtələb insanlardan, milli fəallardan ordu düzəldəcək, silahlanacaq. Tamam, biz haradan gedək, İsfahanadan gedək, Şirazadan gedək, hamısını alaq. Alacaq, gedəcək alaq. Gərək alaq. Almasaq onlar bizi alarlar. Düşmən alar. Düşmən işğal elədik, torpaqları alanmarıq. Kürdlərə fürsət versək, gələcək bu tərəfə, biz gedək bu tərəfə. Bunları sizə heç kəs deməz, çünki hamı bunları qorxar, bunları danışar. Amma mən sizə deyirəm. Xaricədə olmağın mənə bu məziyyəti var ki, buradan bu sözləri deyə bilirlər. Mümkün də Instagram qoymaya seyv eləyəm buna, amma siz bunu bilin və yayın. Lütfən bunları yayın. Söz olaraq bir-birinizə deyin, not götürün, bunları eləyəcəksiniz. Hər liderlərimiz kimdir? Məsələn, Təbrizdə 50 dana tanınmış, ən başda ağsaqqal, təcrübəli, tanınmış, zindan çəkmiş, savaşmış, şikəncə görmüş milli lider var.
Onlar ordumuzu düzəldəcəklər. Şəhrimizin əmniyyətini onlar qoruyacaqlar. Onlar davtələb nirular gedəcəklər onlara. Biz latlüt almayacaq şah zamanı kimi. Qoymayacaq insanları getsinlər, qarət eləsinlər. Bir də budur, qarət yox. Bizim məmləkətimizdə karxanalar qarət olmayacaq. Sərmayədarların evləri qarət olmayacaq. Bunlar bizim adamlarımızdır. Bir iddianın evi qarət olacaq. Kimdir? Qarət olmayacaq əlbəttə. Musadir olacaq. Onlar için dövlət işində, geçən 40 ildə dövlət işindən milyardılar qazanıblar. Karxanalar qazanıb. Onlar dövlət olaraq milli fəallar onları təsvir hesab edəcəklər. Alacaqlar, çağıracaqlar. Bu əmlak ki bizim nəzərimizdə sən gərək verəsən milli dövlətə. Onlar milli dövlətə gəlsin çünki sən bunları oğurlamısan millətdən. İsfahanı alacı yox. Çünki İsfahanın karxanaları bizimdir. Lazım olsa belə söküb gətiririk. Əgər məcbur olsaq dalıya oturaq o karxanaları sökək gətiririk bura. Lazım olsa gərək o karxanaları, lazım olsa gərək sökək gətirək bura. Amma ora gərək bizi Allah əlimizdə saxlayaq. Ora bizimdir. Oranı biz Səfəvi dövrəsindən biz yaratmışıq, bizimdir. Və ora bizim sərmayəmizdən tikilibdir. Gücümüz satsa geri alaq. Aldıq, saxlaya bilmədik. Hər şey ki oradan sirvət vardı, gətiririk bura. 100 ilin sirvətin gərək qeytaraq yerinə. 100 ildir bunlar bizim vətənimizi işğal ediblər, dağıdıblar, yüzlər min adamımızı öldürüblər. Vətərindən didərcin salıblar, qaçaq salıblar. Biz bunların ödün almalıyıq, intiqamın almalıyıq. İntiqamı budur ki, gedəcək, gətirəcək bura. Əlbəttə, alacı yox. Baxın, dostlar, Farslar özləri millət bilmirlər. Baxın, türklər deyir biz millətuq, ərəblər deyir biz millətuq, bəluçlar deyir millətuq, türkəmən deyir millətəm, qəşqayı deyir millətəm, lor deyir millətəm, cilət deyir millətəm, mazəni deyir millətəm, kürd deyir millətəm, vəsətdə fars deyir mən millət deyiləm. Eyni halda, kürd deyir mənim vətənim buradır, türk deyir mənim vətənim buradır, ərəb deyir mənim vətənim buradır, lor deyir buradır, fars deyir mənim vətənim yoxdur. Bəs hər kəs fars olan yerləri işğal eləsə onundur. İşğal yox, azad eləsə. Mən iştibah dedim. Hər kəs haranı azad eləsə İran işğal sistemindən, ora o millətindir. Cəmiyyəti türk olur olsun, ərəb olur olsun, bəluç olur olsun, türkəmən olur olsun, kürd olur olsun, bəxtiyarı olur olsun, mazəni olur olsun, cilək olur olsun. Biz oranı azad elədik, ora bizim torpağımızdır. Ora bizim qanunumuzla yaşayacaq. Bizim dövlətimizlə yaşayacaq. Bunun üçün dostlar, biz sabaha hazır olmalıyıq. Eşikdəki təşkilatlar buradan gəlib ora gəlməkləri biraz mühafizəkardılar, çoxu. Bir də ki, buradan gəlib ora gəlməkləri bir neçə gün çəkər. Təyyara gələ bilər, savaş vardı, gələ bilirlər, gələ bilməyərlər, mümkün də aylar çəkər. Onun üçün içəridə, hər şey içəridə. Liderlər içəridə, sistem içəridə. Bəs nə oldu? 1. Padqanlar, 2. Radyo, televizyon. 3. Bilafasilə ordu təşkil vermək. Yəni, davtələb, milli, türkçü insanlardan ordu təşkil vermək. Ondan sonra da hər məhəllənin özündə nizarət komitələri qolmalıyıq. Ki, məsələn, bu latlütlər ki vardı, bunlar çıxıb millətin əmvalını qarət eləməsin, namuslarına öcəşməsin, adamları mühakiməsiz öldürməsin. Latlütlər şah zamanında bu təcrübə eləmişik, inqilabda. Latlütlər intiqam almaq üçün filan polis məni tutmuşdu, gedəcək onun ailəsini öldürən. Belə bir şey yoxdur. Latlütlər yox. Amma inqilabi şəraitdə bizim hər kəs düşmənçilik eləsə öləcək. Yəni biz deyə bilmərik ki, xiyabanda biri bizə güllə atır, deyək ki, vur. Yox, belə bir şey yoxdur. Biz müsəlmanıq, canımızdan da difa eləyəcəyik, dövlətimiz də quracağıq. Pəs, birincisi silahlanacağıq, radyo televizyonu əlimizə alacağıq, hətta başda əslən radyo televizyonu əlimizdə alacağıq, ən başda radyo televizyonu əlimizə alacağıq, deyəcək ki, padqanların silahlarını boşaldır. Əslən radyo televizyondan deyək ki, ərteş, padqan, harçı padqan var, fərman deyək, filan, ya Azərbaycan nirularına təslim ol ginən, vəfadarlığın bizim milli hökuməti elan edirik radyo televizyondan,
Baxın, beləsi deyim. Bunu qeydaq, bunu bir də deyim. Gecə yuxudan, səhər yuxudan durduq, gördük ki, İran bombardımanı olubdu, bəlgilər aradan gedibdi, purtqahlar vurulubdu, padqanlar vurulubdu, ərz eləyim xidmətinizə, fərmandehliklər vurulubdu, ustandarlıqlar ya vurulub, ya vurulmayıb, mühüm deyil. O siyasidir, biz gedib oturacaq onun yerinə. Yəni bizim öz adamlarımız gedib o binada oturacaqdır. Ne edəcək? Radyo televizyonu alacaq. Bura Zəncan, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Qəzvin, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Kərət, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Ərak, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Tehran, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura İsfahan, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura Şiraz, Güney Azərbaycan Qəşqayistan Cumhuriyyəti. Bura Rəşk, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bura filan Güney Azərbaycan Türk Cumhuriyyəti. Siz bu işi görəcəksiniz. Dedim, savaşdır. Savaş başlar. Hər kəs haranı alsa, oranı saxlasa, ora onundur. Ondan sonra gidəcəksiniz, deyəcəksiniz. Oradan eylem elədiniz. Elə radyodan da deyə bilərlər. Oradan padqanları gedin, boşaldın. Millət padqanı boşaldın, silahlanın, şəhərinizi qoruyun. Hər şəhərində öz milli fəalları tanınır. Milli fəallar hamısı bir-birini tanınır. Çox sistematik bir lider yoxdur, amma hər kəs liderdir. Amma hamını tanıyır. Hamı bilir ki, kim bu şəhərdə milli fəaliyyət eləyib eləmir. Biz o iki gəlir buyurlar, mən də milli fəalım, yox, qəbul eləmər. Qəbul eləmər. Keçən 10 ildə haradaydı? 20 ildə haradaydı? Onun üçün milli fəallar hər məhəllənin, hər şəhrin əmniyyətini təmin eləməlidirlər. Qorumalıdırlar və orada lat-lütə icazə verməlidirlər. Müsəlləh olub millətə, namusuna öcəçələr. Muhtadlar, qaçaqçılar haqqları yoxdur, silahlanırlar. Girələr insanların canına, malına, namusuna təcavüz edirlər. Bu cür bir şey yoxdur. Qorumalıyıq. Onun üçün məhəllələrimizdə milli fəallar, tanıdıqları 4 nəfər ki tanışdır, birləşin, 5 nəfər ki tanışdır, birləşin, hazırlaşın vətəninizi qorumağa. Ondan sonra dedik, silahlanın və torpaqlarınızı azad edin işğaldan. Haracan torpağınızda oracan azad edin. Yəni sən əgər deyirsən ki, mənim torpağım oracandır, oracan azad edəcəksən. Farsların da torpağı yoxdur, oranı hər kəs azad eləsə onundur. Bu savaş qaydası dostlar. Heç də rəbti yoxdur. Bu savaş qaydasıdır. Savaş qaydasında hər kəs haranı alsa ora onundur. Bu budur. Suriyədə Amerikalılar bir yere alıblar, İran bir yere alıbdı, Türkiye bir yere alıbdı, İran bir yere alıbdı, Suriye'nin özünde dövlətinin bir yerde vardı. Hərəsi bir yerde olur, hər özü aldığı yerde hakim. Dünyanın savaş qaydası budur. Fikirləmin ki, burada mən ayrı bir şey deyirəm, əcib bir şey deyirəm. Əcib bir şey demirəm, fəqət o şeyləri ki, eşitməmişik, onları deyirəm. Cumhuriyyətimizi, istiqlalımızı eləyəndən sonra ikinci mərhələ nədir? Yəni, Cumhuriyyətimizi elan elədik, millətimiz padqanları keçiddə ələ. İkinci mərhələ, yəni eyni elə həman gündə ehtimalə gərək biz həman gündə eləyək. Yəni, o birinci gündəki radyo televizyonu aldıq, elan elədik Cumhuriyyəti. İkinci mərhələsi nədir dostlar? İkinci mərhələ budur. Rəsmən məktub yazıb, radyo televizyondan oxuyub, tamam radyo televizyonlara verib sazmanimilərlə belə göndərməliyik ki, İranda rejim sabit oldu, Güney Azərbaycan Türk Cumhuriyyəti elan olundu. Biz Türkiyədən və Azərbaycan Cumhuriyyətini istiruq, bizdən himayətə və bizi qorumaq amacla bizim torpağımıza orduları gəlsin. Rəsmi olaraq biz bunu istəməliyik. Ki, Türkiyə və Azərbaycan dövlətlərini isə indi onlar ya verərlər, ya verməzlər. Onların qalıb siyasətlərinə. Amma biz bunu dünya səviyyəsində istəməliyik. Dünya bilməlidir ki, biz dövlətimizi qurduq. İngilis dilində, Fransa dilində,
onda xaricdən dostlar sizə köməklik eləyəcəklər. Tamam məmləkətlərdə hamı sizin xidmətinizdə olacaqdır. İçəridə bəyaniyələriniz İngilis, hər dildə yazılacaqdır. Japon dilində belə, Çin dilində yazılacaqdır. Dünyaya veriləcəkdir ki, İran hakimiyyəti yıxıldı. Biz öz dövlət yıxıldı, yıxılmadı. Biz İran hakimiyyəti olsa da rəsmiyyətə tanımırıq. Güney Azərbaycan Türk Cümhuriyyətini qurduq. Biz dünyadan istiyoruz bizi rəsmiyyətə tanısınlar. 2. Türk Cumhuriyyətlərindən istiyoruz. Orduları gəlsin və bizi burada himayət eləsin. Bizim qorunmağa ehtiyacımız vardır. Bizim sistemimiz idarə olmağa ehtiyacı vardır. Çünki biz İran və Fars rejiminin işğalından çıxan və ona xidmət edən adamlara çox inanmaq haqqımız yoxdur. Bizim belə bir lüksumuz yoxdur. Bizim belə bir lüks vəziyyətimiz yoxdur. Gələk yaxşı, tamam bu ərtəşdir, bu sipahdır, türküdülər, tamam biz bunları qəbul edirik, deyək ki, siz bizim bundan bizə xidmət edəcəksiniz. Biz gərək türkə və türkçülüğə, türk millətinə inanan insanları orduya inanaq, qəbul edirik. Və o Azərbaycan Türk Cümhuriyyəti, Türkiyə Türk Cümhuriyyəti və o birisi Türk Cümhuriyyətləri. Birincisi bunlardır bizim istəyimiz. Ondan sonra hər hangi məmləkət ki, bizlə qardaşlıq elan eləsə, bizi rəsmiyyətə tanısa, biz də onlarla rəsmiyyətə tanıyarıq, rabitəmiz olar. Rəsmiyyətə tanımasa, onlarla bir düşmən kimi baxarıq onlara. Onlar da bizi bir düşmən kimi görsələr, biz də düşmən kimi baxarıq. Biz heç kəslə düşmənlik eləməyəcək dünyada. İndi bir dənə mərhələni atladım. Kürdlər də bu işi görəcəklər, hazırdılar. Həm silahlıdırlar, həm hazırdılar. Ərəblər də bu işi görəcəklər, biraz da silahlanıblar, biraz da hazırdır. Bəluçlar da bu işi görəcəklər, silahlıdırlar, hazırdılar. Təhcə niru, siyasi niru ki, silahlı deyil, türklərdirlər. Türkəmənlər, Qəşqailər, Azərbaycanlılar, Xəliclər. Və biz baxın bu müsəlləs seçəkdə bir dənə İranın Xorasandan, yəni Qəşqaistandan bir dənə xətt çəkin geçsin Bəluçistanın üstündən Xorasana. Bir dənə xətt çəkin gəlsin Təbrizə. Bir dənə də üstdən Gilandan xətt çəkin geçsin yapışdırsa. Bu müsəlləsi. Bu müsəlləs üçgüşə, bu üçgüşənin arası Türk torpağı olmalıdır. Bir-birinə yapışmalıdır. Çünki biz onları yapışdırmasaq bir-birinə, vəsətdə o kiçik millətlər bunları qətlam elərlər. Azlıqlar orada olacaqdır. Daha az bu kətdə bir dənə kət var orada, bir tıqqılı şəhər var bunlar, gedib onları qətlam elərlər. Onun üçün biz gərək biz hızlı tərpəşək və torpaqlarımızı bir-birinə yapışdıraq. Torpaqlarımız deyəndə Türkmən səhra Türk torpağıdır. Qəşqaistan da Türk torpağıdır. Azərbaycan, Güney Azərbaycan da Türk torpağıdır. Bunları bir-birinə yapışdırmaq lazımdır. Bunları dostlar danışmalıyıq bir-birimizlə. Evlərimizdə yoldaşlarımızla ki, inanırıq ki, bu adam casus deyil, bu adam düşmən deyil, bu adam xain deyil. Bunları bir-bir oturub danışmalıyıq. Neynəməliyik? Biz məhəlləmizdə nə var? Əlbəttə, hamı hər kəsin öz şəhrini tanır. Partilərimiz də tanıyırlar. Partilərimizin üzvləri də orada tanıyırlar. Onlar da bəlkə belə hazırlıqlarda olacaqlar inşallah. Amma biz özümüz nə olaq? Deyək ki, partilər ortaya çıxanmadılar. Hər nədən dolayı. Məsələn, bərq kəsildi. Buradan orada telefon yoxdur zəhvrak. Müxabirat üçün vuracaqlar da. Müxabirat o yerlərdən ki, vuracaqlar. Müxabirat vurulandan sonra, bərq vurulandan sonra dostlar, bu dürbünlər var, hafif yaban işdir. Bunlar işləməyəcək. Saharrahlarda bu çıraqlar var. Qırmızı, yaşıl, sarı. Bunlar işləməyəcəklər. Bir 10-15 gündən sonra benzin olmayacaqdır ki, maşınlar işləsin. Bunun üçün sürətli olmalıyıq. Hər nə iş görürük sürətlə. Yəni istəyirik torpaqlarımızı əmniyyətə alaq, Kürd, nə bilim, bu bizim torpaqlarımıza girə bilməsin, ya torpaqlarımızı alaq, Kürdün işğalından çıxadaq, ya Farsın işğalından çıxadaq, ya filan yerin işğalından çıxadaq. Gərək elə sürətlə. O 2-3 günün içində, əvvəl 2-3 gündə bunları eləyək. Çünki elə ki, dünya dedi, biz gələk orada nazir oturaq filan, onda heç iş görənməzsə.
O günəcə nə almısan sənindir, o gündən sonra da onlar gələrlər, böyük güclər gəlsələr, sənə deyərlər ki, buradan çıx. Sən bura gəlmə, yox, çıx deyənməzlər, deyərlər, mən bura çıxmışam, mən bura almışam, bura mənimdir. Bura mənimdir, mən burada silahlı oturmuşam. Bura mənimdir. Tarixəm mənimdir, indi də oturmuşam. Amma almasan, o gələndən sonra deyər, burada mən oturmuşam, xoş gəldin. İstəsəm hər kəsə verəm, verərəm. Məni istəyənə verərəm. Bunun üçün dostlar, o dostlarınızla, yaxın tanıdığınız adamlarla bunları danışacaqsınız. Evdə danışmayın, gedin dağda danışın. Gedin dərədə danışın. Gedin çöldə, maşında danışmayın məsələn. Gedin çöldə danışın. Gedin parçada bir yerdə oturun, ağac olmayan yerdə məsələn. Gedin oturun danışın. Yəni əgər qorxursuz bəzi şeyləri danışmaqda bəzi yerdə, gedin bir yerə ki məsələn orada şeydir. Adam ayağı gəlmir. Gedin orada danışın. Qələbə Babəşdə danışmayın. Çünki Qələbə Babəşdə həm dürbün var, gizli dürbünlər ola bilər, həm də səs ola bilər. Amma gedin bir yerlərdə danışın. Çöllərdə, dağlarda, dərələrdə, o qəti yerlər var danışmağa ki. Gedin orada bir-birinizlə danışın. Neyəcək? Evlər, bəzi evlərdə, bəzi küçələrdə, bəzi eşikdə, yəni eşikdə, üst-üstə. Yəni hamının evindəki bunlar kamera qoymayıblar, hamının evində dürbün qoymayıblar, hamının evində şey yoxdur ki. Məsələn, olsun 4 dənə fəalın, yaxşı 10 dənə fəalın evinə kamera qoyublar, ya mikrofon qoyublar. Gətirib hər evə ki qoymayıblar. Gedib filan kəsin evində danışarıq ki, deyir bəlkə heç kəs onu bilmir, milli fəaldır. Biz gedib danışmalıyıq, bir-birimizlə nəqşə döyməliyik. Məsələn, bu şəhərdə kimlər milli fəaldılar, onları bilməliyik. Onlarla ilgi qoymalıyıq. Belə olsa, sən filan məhəllədəsən, sən kimləri burada tanırsan, kimlər latdır, kimlər lütdür, kimlər motaddır, kimlər qaçaqçıdır, listini çıxadacaqsan, kimlər paslardır, kimlər ittilatıdır, kimlər filan bunları çıxadacaqsan, biləcəksən ki, kim bu məhəllədə tutulmalıdır, kim kontrol olmalıdır, kimin əlinə silah düşməməlidir, kimi tutub zindana salmalıdır. Yəni, bunları biləcəksən. Mən fikirlərim dostlar, əgər Instagram bağlamasa, şikayət çox olmasa, bu mövzunu hər gün danışacağım. Ömür olsa hər gün çalışacağım ki, bu mövzunu danışam. Suallarınız olsa bu haqda fikirləşək, mən də fikirləşim, siz də fikirləşin. Bunu hər gün danışaq. Bəlkə mən bunu seyv elərəm fəqət özümə, yəni qoymaram yayıla, çünki istəmirəm bu bahis olar ki, bəzi adamlar bizim əleyhimizə təbliğat eləyərlər ya müttəhəm eləyərlər. Amma bunu saxlarım sonralara, amma bu eşidənlər bunu yaysınlar, bunu danışsınlar bir-birləri. Biz hər gün bunu danışmalıyıq. Bu bizə çörəkdən vacib. Çünki sabahları suyumuzu qorumaq, əmniyyətimizi qorumaq, şəhərlərimizi qorumaq bizə diri qalmaq anlamındadır. Biz bəlkə indi göy-göyərənti çıxıbdır, hər yer-göy yağış yağıbdır, hər şey ac qalıb onları yiyib davam gətirə bilirik. Amma silahlanmasaq öldürərlər bizi. Düşmənlərimiz bizi öldürür. Bizim ciddi düşmənimiz var. Farslar, farsçılar, bəzi idarədə işləyənlər idarələrdə, ittilat olsun, pastor olsun, bəsic olsun, molla olsun, nə bilim, bunlar, yenə deyirəm, baxın, biz mollalarla da müşkülümüz yoxdur, bunları da öldürməyəcək. Biz pastorlarla da müşkülümüz yoxdur. Hər kəs bizim üstümüzə silah çəksə düşməndir. Hər kəs qəbul edəsə, bizlə işləsə, ya bizə təslim olsa bizim düşmənimiz deyil. Təslim edəcən işi yox idi, getmiş orada işləyir, tamam da. İndi geclə qoşul bizə, gəl geclə təslim ol. Yəni biz cinayətə çıxmırıq. Biz intiqam almağa çıxmırıq. Biz dövlət qurmağa çıxırıq. Tamam. Mən var olan dostlar və onlar iş gəldilər, getdilər, hamısına təşəkkür edirəm. Çox sağ olun, var olun, əziz dostlar, qoşuldunuz. Bilirəm, çox qorxursuz gəlib qulaq asasınız. Mən adi vaxt qorxuluyum deyə bu üçün gələsiniz mənə qulaq asasınız. İndi də ki bu sözləri danışıram, daha qorxu düşəcəkdir birilərinin canına. Amma çarəmiz yoxdur.
Mən hər gün çalışacağam saat Təbriz vaxtı ilə saat 9-da. Canlı proqram qoyam. Lütfən dostlarınıza deyin, gəlsinlər, yazı götürün. Yaymağa o zaman yaya bilərsə, amma sonra mən save götürəcəyəm bunu. Buna görə ki, istəmirəm düşmənlərin əlinə düşsün bu mətni. Onları bütün zəbt edirlər. İndi idarə etdilər Təbrizdə, orada, burada bunu zəbt edir. Önəm daşımır. O mənə önəm daşımır. Mənə önəm daşıran budur ki, hər adamın əlinə düşməz. Bizim düşmənlərimiz bundan sui-istifadə çox eləyə bilməsinlər. Amma düşmən də biləcək ki, biz ayıq. Düşmən biləcəkdir ki, biz ayıq. Biz düşmən bilsin ayıq, bunları deməliyik. Düşmən bilsin ki, biz də savaşa hazırıq. Düşmən bilsin ki, biz də, yəni hətta sipah bastıran bilsin ki, biz nə düşünürük. İttilaat düşünsün ki, biz nə düşünürük. Mollalar düşünsünlər, biz nə düşünürük. Bəsicilər düşünsünlər, biz nə düşünürük. Nə yaxşı ki, məsələn, əgər İran bombardıman oldu, ərteş özü desin ki, Azərbaycan istiqlalını aldı. Sipah desin Azərbaycanın istiqlalı. Yəni Sipahın fərmandehləri dursunlar ayağa desin, biz Azərbaycanın istiqlalı üçün savaşırıq. Biz onları başımızın tacı elərik. Nümayəndələr, məclis nümayəndələri. Ustandar, fərmandar, biz bunlarla müşkülümüz yoxdur. Hər kəs dövlətə işləyibdir, tamam. Tövbə, əstəğfirullah, tövbənin qapısı açıqdır. Gəlsin desin ki, mən Azərbaycanın xidmətində olacağım. Bu günəcən İran var idi, İranın xidmətində. Bu ilə Azərbaycanın xidmətindəyəm. Nə buyurursunuz, əmr eləyin, yazın, fərman verin, icra eləyək. Tamam, gözümüz üstə. Bunun üçün bizim paslarla müşkülümüz yoxdur, molla ilə müşkülümüz yoxdur. Bizim İran fars sistemi ilə müşkülümüz var. Bizim mafiya ilə müşkülümüz var. Bunun üçün biz intiqama çıxmayacaq şəhərə. Bu paslarları öldürək, bu bəsiciləri öldürək, bu mollaları öldürək, bu idarədə işləyənləri öldürək. Bu cür bir şey yoxdur. Bu karxanada gedək dağıdaq, bu cür bir şey yoxdur. Bunlar hər kəs bu cür bir işlərə əl qoysa düşməndir və bizə silah çəkib hesab olur. Yəni bizim nəzərimizdə hər kəs dura deyə ki, mən bu paslarları öldürəcəyəm, qaçıb gedib evinə, silahını götürübdür. Ya da deyir, mən tamam biz gəlin baxam işləyək da, gəlin vətənimizi qoruyaq. Hər kəs onlara silah atsa bizə silah atır. Azərbaycana əsləh tutur, silah tutur. Hər kəs onları vursa bizi vurur. Biz intiqam almağa gəlmirik ki, ühdəmiz yoxdur paslarların ziddinə, bəsicilərin ziddinə, mollaların ziddinə, idarələrdə işləyənlərin ziddinə, müəllimlərin ziddinə. Bilirik ki, bunların hamısı məcburdur, işlər, dövlətə işləyirlər, məcburdurlar. Hər dövlət dəyişəndə bunlar da dəyişərlər. Bunların içində bir də vaqən vəfadar olacaqlar, silah götürəcəklər bizim üzümüzə, biz də onları öldürəcəyik. Ondan sonra hər kəs qalsa, gəlsin bizim ordumuzu düzəlsin. Ordumuzu dağıtmasın sən ordunu, sipahı dağıtmasın. Gəlsin desin, tamam o Azərbaycanda bir komitə gəlsin, burada tutsun, qərarları təsmin versinlər, milli fəallar qərar versinlər, biz də onun üzrə işləyək. Siyasi hizblər, liderlərimiz var bizim, az liderimiz yoxdur. Bizim bir dənə şurayı rəhbəri liderimiz, bunu 18 il üstündə işlənir. Liderlik şurası var. Ondan sonra da bizim güclü dövlətlərimiz var yanımızda. Heç bir millətin İranda bizim kimi yanında bir güclü dövləti yoxdur. Onun üçün Azərbaycanda biz intiqama qalxmayacaq. Bizim əvvəlimcisi dövlətimizi elan eləmək, ikincisi əmniyyətimizi, üçüncü torpaqlarımızı almaq. Torpaqlarımızı alacaq, əmniyyətimizi qoruyacaq, millətimizi elan eləyəcək, bizim ondan sonra edam filan, bəhmə bizim şeylərə girməyəcək. Biz, mafiyalar silah götürsələr vuracaq. Hər kəs silah götürsə, hər kəs bizə qarşı, Azərbaycanın istiqlalına qarşı ayağa dursa, ya işğala qalxsa, biz onları öldürəcək. Biz onları düşmən sayacaq. Dedim, biz Türkiyə dövlətindən, Azərbaycan dövlətindən istəyəcək ki, o istəməliyik ki, orduları girsin, bizi qorusun. Çünki bizim bəlkə farsların qədər bizim təcrübəmiz yoxdur. Amma bizim də pastarların içində generallarımız var. Ərteşin içində generalımız var. İttilaatın içində işləyən, düşünən, türkçü,
insanlarımız var. Onlar bizim gene dövlətimizi quracaqlar, gene bizim sistemimizi quracaqlar. Onlar sistemi işlədəcəklər. Təbii ki, biz Türkiyədən, Azərbaycandan, hər yerdən, dünyanın hər yerindən ki, Azərbaycanın köməklik istəyirlər, onlardan köməklik istəyəcək, gəlin bizim dövlətimizi quraq, ayağa saxladaq, güclü saxlayaq, qoymayaq yıxılsın. Dostlar, çox-çox təşəkkür edirəm. Var olun, sağ olun. Mən 1-2 dəqiqədə burada varam. Əgər sualı olan olsa, yazsa, ya istəsə gəlsin, sözün desin, buyursalar çox-çox sevinərəm. Amma olmasa sabahları çərşənbə olacaqdır. Saat 2-də. Əlbəttə, cuma axşamlar mən Oğuz bəylə o Azərbaycandan baxış proqramında bəzən oluram, bəzən də ayrı dostlar olur. Bəlkə əgər orada olmasam yenə gələcəm, amma orada da olsam, orada elə bu sözlərin birazını danışacağıq orada. Doğru, bu bizim gündəlik vəzifəmiz olacaqdır bundan bu üzə. Mən çalışacağam ki, 2 il də çəksə bu gündə, bunları gündə danışaq. Biz gərək bunları danışaq bundan bu üzə. Bizim ay nəqdi milli hərəkət filan, ay nəqdi Azərbaycan, bunlar hamısı əbatildir. Dövləti quracaqsan, dövləti yaradacaqsan, hakimiyyəti quracaqsan, dövləti yaradacaqsan, məclisi quracaqsan, ordunu yaradacaqsan, ittilaatı yaradacaqsan, sistemi quracaqsan, ondan sonra çəkəcəksən, yavaş-yavaş bunları danışacaksın. Hə, məsələn, dövlətimizin harası zəifdir, nəqd nədir, filan nədir. İndi feylə bizim əsli şeyimiz odur, dövlət, hakimiyyət, milli hakimiyyət. Milli dövlət, milli məclis, milli təşkilatlar. Təşkilatlardan mənzur məsələn ittilaatdır, bizim ittilaata ehtiyacımız var. Milli mədrəsələr, milli danışqahlar, milli institut, hər şey milli olmalıdır. Dövlətçilik yolunda. Mən çalışacağım bundan bizə tikrarlı olsa bunu danışacağım. Tikrarlı olsa bunu danışacağım. Dostlar, yorulsa da mən yorulmayacağım. Çünki əsl amacımız odur. Biz onu qurmağa çalışacağıq. Bizim qızıl almamız əvvəl Güney Azərbaycan Türk Cumhuriyyətinin Qəşqayı, Türk Şəvəlistan, Türk Cumhuriyyətini qurmaqdır. Və bunları bir-birinə yapışdırmaqdır. Yəni bu arada nə torpaq var bizimdir. Mənimsəməli yox və almalı yox. Bunu demək üçün boynumu kəssələr də deyəcəm. Mən boynumu kəssinlər, amma mən deyim. Nə deyəcək? Bir gün hamımız bir gün öləcək. Hərə bir gün öləcək. Nəcür ölmağını seçəcək. Mən nəcür ölmağımı seçmişəm. Azərbaycan millət və dövləti yolunda, Azərbaycan milli hakimiyyəti yolunda ölməyi mən seçmişəm. Ölümümü mən belə seçmişəm. Mən istəmirəm yorğan döşəkdə öləm. Mən istəmirəm Allah əcəlini öldürəm. Mən istəyirəm məni düşmən öldürəm. Məni Azərbaycan millətinin və Türkiyə vətəninin, dövlətinin, hakimiyyətinin düşməni öldürsün. Mənə Azərbaycan düşməni öldürsün. Mənə Azərbaycan hakimiyyətinin, dövlətinin düşməni öldürsün. Mənə Azərbaycan torpağının düşməni öldürsün. Mən bunu seçmişim. Biz gərək bunu seçək. Ayrı bir şey yoxdur. Haranın şey olacaq biz. Məsələn, mən niyə yorğun döşəkdə öldüm ki? Məsələn, nə iftixar var ki, filancası yorğun döşəkdə öldü, filancası səhdə elədi öldü. Nə ərz işi var. Amma baxın, Azərbaycan milləti üçün qurban oldu. Azərbaycan dövlətliyi üçün qurban oldu. Azərbaycanı qorumaq üçün qurban oldu. Gözəl deyil. Mən bunu seçirim. Mənə gözəldir. Mənə gözəldir. Kimə ola bilər gözəl olmasın? Mənə gözəldir. Yetər. Mənə bu yetər. Mənə yetər ki, gözəldir. Millətimdir. Biz bunu seçməliyik. Bunu danışmalıyıq. Bunu qovmalıyıq. Bunun arxasında durmalıyıq. Baxın, mən bunlar indi bilmirəm neçə saatdır danışıram. Fikirlərim baxsam burada görsəm neçə saatdır danışıram. Fikirlərim 2 saatdır. Ya 1 saat 45 dəqiqədir danışıram. Əvvəlin bizim
düşüncə səviyyəsində hazırıq. Təşkilat səviyyəsində hazırıq. Baxın, bir dəqiqə tarix deyirəm sizə. Məşrutədə biz framasonların hiləsinə uyduq. Hakimiyyətimizi, bununla belə ki, Məhəmməd Əli Şah rəhmətlik çıxdı savaşa, biz onun yanında durmadıq. Getdik farsların yanında, framasonların yanında duruq. Çünki framasonlar eləyə bildilər ki, köməklik eləyələr bunlara. Biz bir az pula özümüzü satdıq. Framasonlara satdıq. Təbrizdə satdıq belə. Təbrizdə biz özümüzü satdıq. Mən ona görə Təbrizə, əsli Təbrizlilərə inanmıram. Onların içindən xain çıxır daimən. Onların içində daimən hakimiyyəti qorurlar. Məşruiyyətdən sonra Şeyx Məhəmməd Xiyabani dövlət qurdu. İrançılıq düşüncəsi ilə. Məşrutədə də İrançılıq fikrəsindən dövlət quruldu. Farsi dildə qanun əsasında yazıldı. Yazılmadı farsi dildə, rəsmi dildə. Qanun əsasının özü farsi dilində yazıldı. Türkçe dilində yazılmadı. Çünki framasonlar Darülfunun qurulandan framasonlar girdilər İrana. Framasonun mərkəzi Darülfunun oldu. Dövlətdən pulu aldılar, yedilər, günü-gündən danışdıları, hər şeyi framasona çevirdilər. Hamı o məqtədə framason oldu. Hər kəsin əli ağzına yetişirdi, framason oldu. Ondan sonra gəldik şeyə yetişdik. Pişəvəri rəhmətliyə. Pişəvəri məclisə gedincən pan-İranistdir. Ziddi türküdür. Türk dövləti qurulmağa çalışmır. Türk dövləti yıxılmağa çalışır. Çünki framasonlar hamını toğulayıb. Məclisə gedir, Allahın hökumətindən farslar İranda gəlirlər, bunu rədd edirlər. Sən nümayəndə olmasa qeydir, gəlir Azərbaycançı olur. Dövlət qurur. Çox gözəl. Gözəl, dövlət quruldu. Orada Azərbaycan Şeyx Məhəmməd Xiyabani Azadistan qurmuşdu. Dövlət qurmuşdu. Müstəqil dövlət qurmuşdu. Amma qurmuşdu. Qurmuşdu. Pişəvəri Azərbaycan dövlət qurur. Ad qoymur üstünə. Cumhuriyeti filandı qoymur. Yarı müstəqil xudmuxtar bir şey qurur İran içində. Yəni Rıza Şah yaratdığı İranın içində genəldə bu qalır. Sazman-ı Millələr də gec yazır. Onda da yazmır ki, mənim dövlətimin adı nədir? Mənim vətənimin adı, bu hökumət ki, siyasi hökumət ki yaradıram, onun adı nədir? Amma ondan sonra şəriət mədarı hərəkatında Hizb-i Xalq-ı Müsəlmanı İran yaradılır. Yəni İrana genələ baxın. Amma indi bizim 20-21 dana təşkilatımız var, siyasi təşkilatımız var, çoxlu təşkilatımız var, siyasi deyirlər. Fərhəngi var, təhqiqat var, analiz var, fikir otaqları var, çoxlu. Heç birisinin adında İran yoxdur. Yəni fikirlərimiz dəyişibdir. İdeolojik olaraq heç kəs İrancı deyil. Siyasilərimizdə İrancı yoxdur. Yəni, diqqət buyurun, tarixdə yüzlər min nəfər türkçü var, bir dana Kəsrəvi var. Çünki Kəsrəvi Fars İran dövlətinin yanında da o geçəldiblər. Amma yüzlər min nəfər görülməyibdir. İstəməyiblər görələr. Və biz deyirik, yoxdular, var idiler. Savaştılar, öldülər, şəhid oldular, qaçdılar, qurbətə getdilər, köçdülər, təbid oldular. Amma var idiler. Düşüncə cavablar var idi. Biz onların kitablarını oxumamışıq. Oxumamışıq bir şeydir. Yoxdur bir şeydir. Bilmirik bir şeydir. Yoxdur bir şeydir. Var, biz bilmirik. Biz oxumamışıq. Bizə oxutmayıblar. Qoymayıblar oxuyaq, qoymayıblar bilaq, qoymayıblar tanıyaq. Diqqət buyurdunuz? Fərqi var. Birbaşa yoxdur. İranda deyirlər ki, yoxdur. Türk kitabı yoxdur, türkçü yoxdur. Tarixdə türklər şeir deməyiblər falan. Bunlar hamısı çertipert-dir. Bunların hamısı çertipert-dir. İran dövləti çalışıbdır məşrutədən sonra Türk kitablarını aradan aparsın. Amma hamısı aradan getməyibdir. %10'u aradan gedibdir. %15'i aradan gedibdir. %95'i diri qalır. Kitabxanalarda, evlərdə, hər yeri qalır. Əslən qoyaq yoxdur. Biz yaradırıq indi. İndi geçən 30 ildə yaranan kitablar tarix boyunda yaratdığımız kitablardan çoxdur.
və çox da güclüdür. Elə kitablar yaranıb indi ki, teorik olaraq, fəlsəfi olaraq güclü filosoflarımız var. Siyasi olaraq güclü siyasətmədarlarımız var. Nizami olaraq çoxlu orduda və ordudan eşikdə ayrı məmləkətlərdə təhsil almış stratejistlərimiz var. Müdür olaraq çoxlu dünyada, çoxlu məmləkətlərdə müdür olan Güney Azərbaycanlı var ki, Azərbaycan üçün ürəyi tap pompalır qanı. Onların qanları qan deyil, Azərbaycandır, fırlanır damarlarında. İqtisadi olaraq, sərmayə olaraq milyardılar dolar Azərbaycanlılar vardı ki, məmləkət müstəqil olsa töküləcək oraya, o pullar, abad olacaq o məmləkət. O məmləkət 10 ilin içində Dubey olacaq, Dubey. Xüsusən ki, bizim yanımızda 2 dənə böyük təcrübə var. Yəni, məsələn, Dubey bilmirdi nə düzəltdi, sonunda Dubey düzəltdi. Amma biz bilirik, Türkiyə var, Azərbaycan var. Və biz, təcrübə var orada. Orada danışqahlar var, ordular var, sistemlər var, siyasi sistem, hüquqi sistem, özü dövlət sistemi, mafiya sistemi yox, İran sistemi, dövlət sistemi deyil, mafiya sistemidir. Azərbaycanda, Türkiyədə dövlət var. Fərqlidir, sistem fərqlidir, düşüncə fərqlidir. Ondan sonra bizim, dostlar, tamam təşkilatlarımızın hamısının adından İran silinibdir. Yazılarda siz İran görürsünüz. Hətta içəridə də İran görmüşsünüz. İçəridə də yazanda yazırlar ki, faşist, panfars, paniranist. Bu nə demək? Ya gedir şuar verir futbolda, Azərbaycan biri olsun, mərkəz. Yəni bu ki, bizi İran qəbul eləmirik. Siz nə, baxın, nə mənə istirik ki, yox deyilən. İllərdir də, 2008-dən də, əlbəttə ondan qabaqdandır. Yəni 2004-dən əgər səhv eləməsəm, Şurayı milli yaranmaq fikri var. Dəfələrcə də yaranıbdır. Zahirdə dağılıbdır. Amma dostlar, həstəsi, o Türkiyə seriallarında deyirlər ağsaqqallar. O ağsaqqalları diridir. Çalışır, işlir, ürətir, fikir, düşüncə, siyasət. Və bunları pompaj edir topluma. Siz fikir eləmin ki, məsələn, indi Azərbaycanlılar, məsələn, bu ədəbiyyat ki, yaranıb Azərbaycanda. Fikir eləmin ki, göydən gəlibdir. Bunları elə bunlar yaradıblar. Həmən o 5-10 nəfər ki, vardı məstər, o atomun içi, sellolun məğzi, beyni, o beyin 5-10 nəfərdir, elə onlarda müdiriyyət edirlər. Nigaran olun. Vaxtında çıxacaq, bəlkə də bir vaxt çıxaq. Çünki biz məşrutədən bir şey öyrəşdik. O da budur ki, məşrutədən sonra indiyəcən liderlərimizi xəşləməyək. Liderlərimizi gizli saxlayaq. Çünki düşmənimiz güclüdür, terrorçudur, qanun deyil, mafiya dövlətidir. Mafiya dövləti olmasa gələr deyər, aparın mühakimə edin. Amma bizi mühakimə eləmir. Bizi təsadüf, xiyabında təsadüfünə vurur, öldürür. Birinə deyir ki, 100 min dolar verəcəm, ged onu öldür. Gəlir, maşınla vurur, öldürür. Bu son zamanlarda ərəblərdən Yusuf Əziyi Bəni Torofu maşın vurdu. Elə o xəbəri mənə gələn kimi dedim ki, bu şeydir. Bunun dalısına düşüm, terrordur. Necə terrordur? Heç kəs qəbul edir. Dedim, ağa, baxmayın. Bu adam məmuli adam deyil ki. Bu adam məmuli adam deyil. Bu fikir də mənim deyil. Burada fikir dediyim dostlardan biri bu fikir mənə dedi ki, Əhməd Ovalını vuranda mən dedim ki, Əhməd Ovalı ola bilər, ailə məsələsi olsun, iş məsələsi olsun. Bizə rəbti yoxdur. Dedilər ki, Əhməd Ovalı məmuli, məsələn, bəqqaldır, çəqqaldır, yoxsa bənnadır, əməllədir, mühəndisdir, döktürdür, nədir? Siyasi bir adamdır. Bir siyasi təşkilatın rəisidir. Bir 20 neçə ildir bir siyasi televizyon idarə edir. Bunu belə öz uşağı da vursa siyasidir. Çünki ola bilməz ki. Necə ki, məsələn, bir nəfəri öz uşağı vurur. Təbii ki, burada bir məsələ var. Kimlər qurdu, nə cür qurdu, nə cür oldu, minlər soru var bunun dalısında. Mümkündür 50 il sonra bir dənə dövlət deyək ki, məsələn, Obalını ya Əzizi Bəni Torofu biz filan kəsə dedik, o tim tərrahlıq elədi, 8 ay üstündə işlədilər, filan kəsi giroğan tutdular, ya filan kəsə dedilər ki, bu iş gəlməsin, o iş eləyəcək,
O da getdi maşınla bunu vurdu, ya getdi ondan onu vurdu. 50 il sonra hamı bunun üstü açılar. Amma indi səni təsviyə eləmək lazımdır. Səni təsviyə eləmək üçün xəşkəndir. Adamın belə arvadına, nənəsinə, dədəsinə pul verirlər, deyirlər, Təbrizdə görmüşük bunu. İmam Cümələr görmüşük, o uşağını öldürübdü. Öz uşağın tirbaran eləyiblər. Özü eləyib, özü. Biz bunları təcrübə eləmişik bunlar. Üzr deyək ki, deyəsin, yox, məsələn, adamın arvadı adamı öldürməz ya, adam arvadını öldürməz, yox. Çox adam görmüşük, Təbrizdə də adam arvadını öldürür. Yalan dəlildən ötürü. İndi siyasi dəlildən ötürü görün ki, məsələn, istəyərlər deyərlər ki, filan kəs geri öldür, onun xanımısına məsələn deyərlər ki, sənə bir, məsələn, ya səni öldürəcək, ya uşağı öldürəcək, ya səni əri öldürəcəksin. Tamam. Mən uşağımı öldürməyəm, ərimi öldürürəm. Hər adam eləməz, amma bir iddət tapırlar bu işi görər. Yəni demirəm, tamam arvadlar belədilər, tamam kişilər belədilər, tamam uşaqlar belədir, tamam dədələr belədir, amma içində var. Məsələn, bizim bir həmsayamız vardı, uşaqlarının 4 oğlu var idi, bir qızı. Məsələn, köçdülər getdilər inqilabda. Bunun oğlu şah zamanı həmikari idi. Məhəllədə bir salim qız qalmamışdı ki, o öcəşməmişdi. Və məhəllədə hamı bilirdi, tutulurdu, vururdular, döyürdülər, amma ciddi. İnqilab olan kimi kişi evin satdı, uşağını götürdü, sıx getdi bir ayrı ustana, sən bilmədi xara getdi. Heç kəs bilmədi. Orada da getdilər, hamı oldu inqilabçı. Sonralar mən bir yerdə eşitdim ki, onların oğlanlarının biri olubdu, Kərəzdə Dadığa inqilabın rəisi. Ya bu qədər. Belə də var, elə də var ki, deyir ki, mən uşağımı öldürürüm, cəhənnəmə görə, neyini? Necə şimdi tapılıb da bir də əhmək vardı, qızını öldürür, oğlunu öldürür, nə bilim, geri qalmış insanlar var, arvadını öldürür. Var, yəni bunlar var. İndi dövlətlər istəyirlər birini öldürürlər, yolunu taparlar. Mafiya istəyir birini öldürür, yolunu tapar. Siz İranın mafiyasından danışırım. Bunun üçün dostlar, bizim dövlətimiz təqribən hazırdır. Mən sizə bunu deyə bilirəm. Bizim təbiiddə olan dövlətimiz təqribən hazırdır. Hətta sizə bir muştuluq verim. Güney Azərbaycan müstəqil dövlətin mən bildiyim qədər ana yasası yazılır. Mən bildiyim qədər buradan 3 dəfə yazılıbdır. Yəni 3 yerdən anayasa təşrifi gəlibdir. Buradan rəsmi olaraq, hətta bir ikisi rəsmi olaraq yayılıbdır. Bir yolu. Bir dənə də yazılır hələ. Yəni, insanlarımız hazırlaşırlar ki, əgər İran dövləti yıxıldı, qanun əsası ilə gələk. Deyək ki, biz bu qanun əsasını təşrif edirik. Millətimiz, mütəxəssislər, siyasilər, qeyri-siyasilər, millət, oxuyun, baxın, görün, düşünün. Buna rəy versəz ya da dəyişdirək, orasını, burasını dəyişdirək, qanunumuz olsun, səri işə başlayaq, məmləkəti yıxaq deyirək, toplayaq. Amuzuş pərvərişimizin sistemi təqribən tərrah olunubdur. Vizarət Xaricə təqribən tərrah olunubdur. Vizarət İttila təqribən tərrah olunubdur. Ordu biraz onun üstündə işlənir. Mənim biraz uzaqdayam. Məsələn, bu biraz mənə gec gəlir ittilaat ona görə. Amma hər halda biz hazırlaşırıq. Yəni, Güney Azərbaycan fikirləməyin ki, insanlar oturublar, gözlürlər. Hə, bunları deyirik, bunları mən cənablarınızla danışıram, millətə yetirin səsimizi, şəhərlərimizi azad eləyin. Təbii ki, bunlar görə olar. Çünki məsələn, fikirləyin ki, bir dana hizbimiz var, məsələn, ya 2 dana, ya 10 dana, 20 dana, 21 dana hizbimiz, istiqlalçı hizbimiz, sabahları dedilər ki, tamam, dövlətimiz gəldi. Durdular, dedilər ki, ruh Azərbaycanı. Məsələn, bunların əllərində olan gücləri 10.000 nəfər. 10.000 nəfərlə Azərbaycanı qorumaq olmaz. Azərbaycanın o günkü gün 1 milyon dana əskərə ehtiyac var. 1 milyon. İranın indi 800 mindir. Bizim 1 milyon əskərə ehtiyacımız var. Çünki biz bir mərhələdən keçəcəyik ki, yemağımızı gərəkçəsə əskərlərimizin üstünə qoyaq. Önəmlidir. Çünki əskərsiz bir millət aradan gedər. Biz bunu təcrübə elədik. Məşrutədə də təcrübə elədik. Xiyabanidə də təcrübə elədik. Şeyx
pişəvəridə də təcrübə elədik, şəriətmələrdə də təcrübə elədik, şəriətmələri ilə pişəvərinin arasında bir nəfər də kodite elədik, ona da təcrübə elədik. Biz təcrübə eləmişik, təcrübələrdən gəlmişik. Biz bunlardan keçmişik. Bu dərələri, bu batlaqları, bu ölü çəmbərlərindən keçmişik. Bu tunellərdən keçmişik. Onun üçün Azərbaycan Milli Hərəkəti, dostlar, o gündən ki yaranıbdı, o gündən dövlətçilik fikrindədir. Dedim, niyə deyənmirik, ya niyə deyənmirlər, ya niyə görsənmirlər, niyə çıxmırlar üstə, niyə demirlər? Buna görə ki, biz çox qurban vermişik, düşmənimiz çox güclüdür, pulludur, mafiyadır, insana ərzişi qail deyil, insanların fikri ilə, özü ilə, dövləti ilə, Azərbaycanla, Türkiyə ilə, Türkün vətəni ilə müxalifdir. Biz istəmirik, onlar gəlirlər. Məsələn, mən deyim ki, oturum burada bir himayət edeyim, deyim ki, Həsən Hüseynzadə bizim məsələn liderlik şuramızın birində, üzvündə, dövlətimizin üzvündədir məsələn. Nə olar? Gəlirlər, onu öldürürlər. Biz bu şeyə düşməməliyik. Dostlarımız da bu sualları soruşmamalıdır. Dostlar bunu soruşmalıdırlar. Mən Azərbaycanlı olaraq, milli fəal olaraq və Azərbaycanlı düşünən olaraq, Azərbaycan dövlətçiliyini düşünən olaraq, Azərbaycan istiqlalını düşünən olaraq, mən nə edə bilərəm? Mən bu gecə İran bombardıman olsa nə edə bilərəm? Bunu düşünək. Bu ki dövlətimiz nədir olacaqsa, orasını fikirlənin. Dövlət hazır olur, gələcək oturacaq. Çox güclü dövlət gələcək, çox güclü mal gələcək, çox güclü sirvət gələcək, çox güclü fikir gələcək Azərbaycan. Gələcək deyəcək ki, Azərbaycandadır. Mənim kimi adamda bir şey yoxdur gətirəm. Nə gələm, bəlkə təyyarə pulumu tapanmadım gələm. Amma onlar ki, Azərbaycanın içində bu gün yaşırlar. Milyardılar dolarda sərmayələri var bu günləri dünyanın hər yerində. Ya eşikdə yaşırlar. Yəni Amerikada, Kanadada, Avropada yaşırlar. Milyardılar dolar sərmayələri var. Vaqəən deyirəm. Mən bir adam tanıyıram 6 milyard dolar Kanada dövlətinə maliyyət verib. 6 milyard dolar. İldə. Yəni bu 6 milyard dolar Azərbaycanın maliyyəti olsa, Azərbaycan dövləti keçinər. Ordusu keçinər heç olmaz. Yəni Ermənistanın ordusundan çox onun maliyyətidir. Onun maliyyət ki verir dövlətə, Ermənistanın ordusunun silahlarından, təchizatından, hər şeyindən çoxdur onun gücü. Təhcilini. Hərəkəti milli Azərbaycan, Güney Azərbaycan hərəkəti millisini ya Türk hərəkəti millisi. Türk hərəkəti millisi Türklərin İranda və dünyada birləşmək fikrindədir. Və bir federal ya konfederal dövlətlər sistemi yaratmaq amacındadır. Hədəfi budur. Güney Azərbaycanda isə Güney Azərbaycanın istiqlalı. Topraq olaraq istiqlal tapsın, dövlət olaraq istiqlal tapsın, hakimiyyəti qurulsun, milli hakimiyyəti qurulsun, dövləti qurulsun, məclisi qurulsun. Milli fəaliyyət, yəni hər adam özlüğündə düşüncəsi, tərpənişi, davranışı, yerişi, otuşu, duruşu, danışı, gülüşü hər şeyi Azərbaycan üçün, Azərbaycanın istiqlalı üçün, Azərbaycanın gələcəkdə rifahı, əmniyyət üçün çalış, olmalıdır. Olmalıdır. Yəni, yatanda Azərbaycanı yuxu görməlidir, Azərbaycanı düşünməlidir, duranda Azərbaycanı görməlidir, Azərbaycanı düşünməlidir. Azərbaycan dövlətin nədir qurmağı düşünməlidir, nədir qorumağı düşünməlidir. Milli fəal dediyimidir. Hərəkəti milli bundan ibarət. İsti dövlətin qursun. Milli hərəkət, milli dövlətin qursun. Milli hakimiyyət dövlətdən şeydir da, bilirsiniz. Hakimiyyət tamam o sistem ki bir dana yeri idarə edilir, ona deyirik hakimiyyət. Nə nədir? Qanun, təşkilatlar. Təşkilatlar, yəni məsələn sazmanlar, idarələr, ordu, ittilaat, dövlət, məclis,
qanun əsası, qanunlar, dadgahlar, polis, zindan, hər nə ki vardı da. Bu tamam o şey ki bir dənə toplumu idarə edir. Onun adına deyirik nə mənə hakimiyyət. Dövlət nədir? Dövlət hakimiyyətin bir parçasıdır. Dövlətlər değişirlər, hakimiyyət değişmir. Məsələn, biz istiyoruz İranın hakimiyyətini yıxaq, öz hakimiyyətimizi quraq. Çünki onun indi feilən dövləti bizə hakimdir və bizi işğal edir. Biz onun hakimiyyəti altındayıq. Amma biz istiyoruz onu yıxaq, o dövlətin binaları hər nə ki vardı, özümüzün hakimiyyətimiz qurulsun, yəni tamam dövlətin hər nə ki vardı, onlar yaransın, onlar qurulsun. Hərəkət-i milli bundan ibarətdir. Hərəkət-i milli tamam o davranışlar, düşünüşlər, gəlişlər, gedişlər, danışıqlar, yazışmaların hamısı ki Azərbaycan ya Türklərin milli hakimiyyəti qurulmaq əmacında üz verir, onlara deyirik milli hərəkət. İndi bunun içində teyflər çoxdur. Çox teyflər var. Mənim şəxsi elə burada didgahlarım, mənim məramnaməm budur. Mənim şəxsi məramnaməm yazmışam. Mən 12 milyon kəlmə yazmışam. Amma xülasə desəm, mənim şəxsi məramnaməm. Çünki mən hizb deyirəm, təşkilat deyirəm, şəxsi olaraq. Mənim şəxsi olaraq məramnamə, milli hərəkətin məramnaməsi yoxdur. Dövlət qurmaq amacı var, nə əsasda? Hakimiyyət milli, dövlət milli, idarə milli idarəçilik, milli təlim tərbiyyət, milli rifah, milli əmniyyət. Hər şey milli. Millətimizin iradəsi əsasında. Azadlıq, demokrasi, hüquq-i bəşər bunlar ikinci mərhələdədir. Yəni əvvəl bizim hakimiyyətimiz gərək dura, istiqrar tapa, düşmənlərdən qoruna, gücümüz ola düşmənin qabağında dayanaq. Bu mərhələdə demokrasidən danışanmarıq biz. Bu mərhələdə demokrasi xiyanətdir. Çünki biz düşmənə icazə verə bilmərik. Elə bizim düşmənimizdə biz istiyoruz Azərbaycanı iki bölək. Biz bunu eləyə bilmərik. Amma elə ki dövlətimiz müstəqil oldu, tamam sistemimiz oturdu yerinə, düşmənlərimizi dalıya oturtduq, istiqrarımız gəldi yerinə, ondan sonra çox rahatdır. Hər kəs gəlsin, öz ideolojisini aparsın. Məsələn, bizim Kürd vətəndaşımız var. Kürd hizbini qursun orada. Öz haqqından difa eləsin, nümayəndəsini göndərsin məclisə. Təbii ki, onların dilləri də öz bölgələrində rəsmi olacaq. Yəni, bizim dilimizin yanında onların da dili rəsmi olacaqdır. Türk dilinin yanında Kürd dili də. Türk dilinin yanında əgər farslar var, fars dili də. Türk dilinin yanında əgər lorda var, lor dili də. Türk dilinin yanında əgər şimali vardı, şimali dili rəsmi olacaqdır. Yəni, hər kəsin öz yerində. Heç kəs məcbur deyil ki, həm məsələn, o dili öyrəşə, həm hamı dillərin hamısını öyrəşə. Amma məsələn, mən eşitdiyim, dünən Norvejdən eşitdim. Norvejdə 4 dil var ya 3 dil var, 3'ü də rəsmidir. Uşaqların hər üçü onu öyrəşməlidirlər, 4-cü dil İngilisi də onu da öyrəşməlidirlər. Biz hüquq dövlətini düşünürük. Məramnaməmiz bizim hüquq dövləti əsasındadır. Yəni, bizim deyədə mən şəxsi danışıram. Mən burada heç cəmiyyətin tərəfindən danışmıram. Heç dövlətin tərəfindən danışmıram. Heç təşkilat, siyasi, qeyri-siyasi tərəfindən danışmıram. Onun üçün mənim nəzərimi soruşa bilərsiniz. Mənim nəzərim nədir? Ola bilər çoxları milli hərəkət dedim, teyfidir. Milli hərəkət göydə göy quşağı olur. Fatmə nənə deyirik, Fatmə nənə fərşi. Milli hərəkət elə bir şeydir. Milli hərəkətin bir tərəfi çox qırmızıdır, o tərəfdən gəlir sarı, yaşıl, abım, gəlir əşaya, gəlir. 50 rəngdir. İstiqlalçıdan var, ta məsələn, içində, məsələn, bir teyf var milli hərəkətdə, deyirlər ki, İran adında bir şey yoxdur. Türk məmləkəti və hər yeri bizimdir. Və hər yeri bizimdir. Və hər yerində biz malikyik. Bizim içimizdə azlıq millətlər var, Kürtlər var,
Ərəblər var, Bəluçlar var, Türk Lorlar var, Bəxtiyarilər var, Şumalilər var, Mazənilər var. Deyir ki, bunlar var, içində Taliş var, Yəhudi var, Məsihi var, Erməni var, filan var. Sünni var, Şiə var, filan var. Bizim millət, bu bizim bir de bunu düşün. Amma deyir ki, onlar da hər kəsən öz dinin, öz dilində yaşayacaq. Mən yox, mən əslində federalistəm. Amma nə cür federalistəm? Müstəqil Azərbaycan, Azərbaycan öz içində federal. Yəni, Azərbaycan müstəqil olandan sonra özü içində federal idarə olacaq. Mənim şəxsi nəzərim budur. Yəni, məsələn, Ərdəbil müstəqil Azərbaycanın içində Zəncan, Qəzvin, Həmədan, Ərak, Batı Azərbaycan, Doğu Azərbaycan, bunlar hərəsi özləri bir dövlət, özünün parlamanı, özünün bayrağı ola bilər, ordusu da ola bilər hətta. Amma federal bir dövlətin içində müstəqil. Qəşqailər, əgər biz o müsəlləs yedirim, onu yapışdırsaq bir-birə, Qəşqailər müstəqil bir federal dövlətin içində bir dənə özlərinin məclisi də ola bilər, dövlətləri də ola bilər, ordular da, tamam sistemləri özlərinin olur, özlərini idarə edərlər. Federal dövlətin o qədər gücü yoxdur dünyada, dostlar. Federal dövlət əslində 2 dənə, 3 dənə işi var. 1. Difa federal dövlətin öhdəsindədir. Düşmən əgər istəyir bunlara həmlə eləyə, federal dövlətin işi budur ki, bunları difa eləsin. Bir yerindən savaşsaq, federal dövlət savaşacaq. O birisi dövlətlər pul, silah hər dəmənə onlar verməlidirlər, onlar verəcəklər. Biri budur. Bir də pul kontrolu, o federal dövlətin əlində. Pulun çapı, kontrolu bunların əlindədir. Ondan sonra bir də nədir? Yollar. Əsli otobanlar ki vardır, bunları bir-birinə bağlar bu federal dövlətin içində olan dövlətləri, müstəqil dövlətin içində olan federal dövlətləri bağlar bir-birinə. Onların əsli yolları da bunun əlindədir. Bir önəmli stratejik tikintilər. Məsələn, fikrin ki, Urmu gölünü diriltmək. Urmu gölü, məsələn, Batı Azərbaycanda dirilə bilməz, Doğu Azərbaycanda dirilə bilməz. O, məsələn, federal büdcə lazımdır ora. O federal büdcə öncələr düzəldir. Ondan sonra belə bir şeylər, yəni biz federal dövlət istiqlalın içindədir, Cüneyi Azərbaycanda. İranda federal oxumaz daxil. Biz bir zaman, mən özüm şəxsən İranda olan zaman və hətta 2008-ci federaldan himayət edirdi. Amma farslar buna yanaşmadılar. Və biz də enerjimizi buna sərf eləməyəcəyik ki. Çünki niyə? İran əslində Farsın mənafeyini qorumaq üçündür. Federal İranda, federalizm İranda Farsın mənafeyini qorumaq üçündür. Əgər İranda belə bir federal olar, deyərlər ki, Türk dili rəsmi olacaqdır, Fars dili gedəcəkdir, məhəlli dil olsun. Hər kəs hər yerdə Fars olsa, Fars oxusun Türkün yanında. Mən qəbul edərəm. Türk hakimiyyəti altında. Türk hakimiyyəti altında. İran, Türk, Qacar dövləti kimi Türk məmləkəti olursa, qəbul edirəm federal olsun. Amma bizim indi müşkülümüz olar onda, Bəluçlarla, Ərəblərlə, bəzi millətlərlə müşkülümüz olar. Çünki onlar da istiqlal istəyirlər. Onun üçün ki, o müşkülü həll eləyək, hər kəsin öz istiqlalının dalısıcan gedir. Mən əslində federalçı deyiləm, yəni. Beləsi desək istiqlalçıyam, amma istiqlal Cüneyi Azərbaycan ya Türklər dövlətlərinin, hətta mən konfederalçıyam, yəni beləsi desək, mənim nəzərim konfederaldır. Mən mötəqidəm ki, Türk dünyası bu günləri var olan dövlətlər Cüneyi Azərbaycan çıxsa olacaq 8 dana. Əgər iştibah eləməsəm. Bu 8 dana ya 9 dana hər kəsən öz dövlətini saxlasın. İçində də federal sistemi var, elə o qalsın, ya ustan sistemi var, ya iyalət sistemi var, o qalsın. Amma bir dənə federal qoyaq. Federal da yəni bu dövlətlərin başında bir dövlət. Türkiyənin özünün parlamanı var, 80 neçə dənə də ustanı var.
Hər ustanın özündə sistemi var. Qalsın yerində. Azərbaycan Cümhuriyyətinin özünün neçə dənə bölümü var. Türkmenistanın da belə, Qazaqistanın falan, bunların hamısının. Güney Azərbaycan daha belə. Ondan sonra gələk bir dənə federal yaradaq, konfederal. Deyək ki, yad başlıqdan dövlətlərin dövləti olsun. Ki, ordular birləşsin, bahlar birləşsin. Ondan sonra ərz edeyim xidmət sizə maliyyat, vergi 2 mərhələyə bölünsün. Kanada kimi. Bir mərhələ budur ki, dövlətlər, hər dövlət, Türkiyə, Azərbaycan, Güney Azərbaycan, Kuzey Azərbaycan, Türkmenistan, Qırğızistan falan, bunlar hamısı hər kəsin öz vergisinin qabaqdan nə cür alırdı alsın, onun məsələn 5%-in, 6%-in, 7%-in, 10%-in göndərsin federal dövlətə. Federal dövlət bundan ordunu, bunların hamısının ordusunu, savaşı, sülhü, dünyada mənafeyi qorumağa çalışdı. Ya məsələn bir yerdə məsələn gedəcəkdir, deyək ki məsələn filan yerdə sərmayə, bilirsiniz, Türk dünyası 300-350 milyon cəmiyyətə malik olur. Əlbəttə indi feilən azdır. Yəni o dövlətlər saydım, onların cəmiyyəti 200 milyona çatmır. Amma türklər dünyada, yəni o məsələn Çində var, Rusiyada var. Rusiyada 7-8 dənə cümhuriyyət var. Xudmuxtar var. Yəni əgər onlar bir zaman dövlət olaraq müstəqil olsalar, İranın da sistemi ki, mən qabaqcan söhbətlərin əvvəlində dedim ki, mənim nəzərimə İran Qacar dövrəsində Osmanlının bir parçasıdır. Bunu eyni Rusiyanın bugünkü günündəki türklər bir dənə Rusiya imperatorluğu var. İçində 10-15 dənə cümhuri var ki, bunun 7-8-i Türk cümhuriyyətidir. Azlığı, çoxluğu mühüm deyil. Onlar orada dövlətdir. Əgər bunlar müstəqil olarlar və daha Rusiyadan qırılalar, onlar bir-birinə yapışanda, dövlət olaraq yapışanda bir böyük Türk milləti çıxır dünyaya ki, bir ucu Çindədir, bir ucu Avropadadır, Balkanların o başında. Və çox böyük bir məmləkətdir. Rusiyadan böyük olur. Enerji mərkəzidir. Bu şeylər enerji mərkəzidir. Çox sulu məmləkətdilər. Çox sulu. Məsələn, Türkmenistanda indi 10 gündür sel gəlibdi, 15 gündür sel gəlibdi. Məmləkətin yarısı 1 metr qalıb suyun altında. Yarısı. Yəni kollən qalıb suyun altında. Yəni o suyu məsələn biz bir zaman şey olsa, kanallar vurulsa, oradan məsələn o su gəlsə bura, Rusiyada da vurulubdu. İndi şey də istir vursun. Ərəbistan da istir bir dənə. Ərəbistan istir ki okyanusdan kanal vursun. Neçə metr olacaq? Dərinliği 6 metr, eni 31 metr. Aparsın o başına. Tamam bu bölgələrin hamısında su böcürse fırlana gedəcəkdir. Şey eləyəcəkdir. Buradan böyük kanal olacaqdır ki, içində şey eləsinlər. Feylən şirin su düzəldirlər ki, aparırlar. Amma onları göyəşsinlər, hər yeri şey eləsinlər. Amma bəlkə sonralar istərlər bunu gəmi də salarlar. Feylən yerin altında olacaq. Onun üçün gəmi olmayacaqdır. Amma yerin üstündə. Amma biz də məsələn bir zaman Türk dövlətləri eləyə bilərlər, belə bir iş görərlər. Kolli əvəzin ki məsələn gələrlər Qətarla. İndiki yol ki gəlir, Çindən Qətar gəlir. Uyğuristandan gələcəkdir. Türk torpaqlarından gələcək Xəzərə. Xəzərdə qət olacaq dəmir yolu. Gəmi ilə gələcəkdir. Bu taydan yenə minəcəkdir gəmiyə. Gələcəkdir. Çünki oradan Rusiyanın içinə getir. Rusiyaya keçmir. Türklərindir bunlar. Gəlir bu tərəfdən gedir Türkiyədən gedəcəkdir. Fransanın, Parisin qəlbindən keçib gedəcəkdir. Almandan zaten bunlar gedəcəkdir o tərəf Avropa aparacaqdır. Hər yerə gedəcək Avropaya bağlayacaq. Avropada utban zahir zaten. Bu diqqət buyurun görün. Amerika niyə güclüdür dostlar? Niyə hətta şeydən güclüdür? Rusiyadan güclüdür. Buna görə ki, Rusiyanın 110 milyon cəmiyyəti var. Amerikanın 350 milyon. 350 milyon 10% maliyyat verir. Hər nə ki alır, 10% maliyyat verir. Və dünyanın böyük ekonomi gücüdür. Bunun üçündür ki, görürsünüz, məsələn, birdən orada danışanda büdcələrdən, ordunun büdcəsi, məsələn, birdən neçə trilyon dolar. Bilmirəm ki, mən bilmədiyim üçün bunları deməyim sizə. Yalan məlumat verməyim. Meydədən çıxmasın.
Amma vursaq taparıq burada Amerikanın Google eləsək, Amerikanın ordusunun illik bodcası çıxır. Gizlətmir. Gizli oradadır. Yəni bəlkə CIA-nin bu gizli mürcəsini gizlərlər. Amma ordunun üçün gizləmirlər. Deyir ki, bəli, belədir. Niyə? Çünki hər adam hər nə alır, bu telefonu alır $1000, $100 getdi bunun maliyyatına. Ya $113, məsələn Kanadada $113 gedir maliyyatına $1000. Hər bir dolarda 13 sent maliyyat veririk biz Kanadada. İndi siz fikir edin ki, Türk milləti 300 milyon ya 350 milyon Türk milləti ki, bunların nəfləri var, qazları var. Dünyanın ən böyük nəfləri, qazları da bunların əlindədir. Suları var. Əkinəcək yerləri ucu bucağı yoxdur. Ucu bucağı yox. Yəni dünyanın ən böyük məmləkəti olar bu Türk birliyi. Mən niyə bunu istəmiyim? Niyə biz Türk birliyinin, Türk konfederal sistemindən bir ayrı bir sistem yaradaq. Məsələn, bu cür yaradaq ki, indiyəcən nə sistem bəşər yaradıq, biz də onu yaradaq. Bəşər buna görə, bəşərin beyni bundan ötürdü ki, taza olan sistemləri geçsin, köhnə olan sistemləri geçsin, taza bir sistem yaratsın. Biz taza bir sistemdə yarada bilirik, özümüz üçün. Və mənim nəzərimdən çox gözəl olar ki, məsələn, birdən görək, Türk millətləri müstəqil olublar və yapışıblar bir-birinə. Siz dünyanın heç yerinə getməyə ehtiyacınız yoxdur. Ən böyük iqtisadi gücləri qura bilərsiniz. Çin niyə indi Amerikanı getirir? Niyə Amerika Çindən qorxur? Çünki Çində 1 milyard neçə 100 min nəfər cəmiyyət vardır. Hindidən də qorxurlar. Çünki bu da qalxır. Hindi də qalxıbdır. Qalxır. Kasıbdırlar. Hər ikisi kasıbdır. Yəni hər ikisi millət olaraq kasıb millətdirlər. Çünki tazab qalxmağa başlayırlar. Amma baxın, hətta gündə hərəsindən $1 hərəsindən ki dediyim, yəni məsələn fərz edin ki, bir dənə kətdə bir dənə uşaq ki, nənədən olub işləmir, ondan da 1 milyar gedir. Nə cür? Karxanalardan da maliyyət alır da, ticarətdən də maliyyət alır. Ticarət iki dünyaya gedir, dünyadan gəlir, bunlardan maliyyət alır. O vergi alır. Bu vergini diqqət edin, görün ki, indi məsələn gündə $300 milyon bu millətin şey olar, vergisi olar. 300 milyon çarpı 360 milyon 60 min ilə özü 360 günə. Özü bir böyük ədəd olar. Mən indi bunu icazə buyurun ilə burada bir hesab edeyim. Yəni vaxtımızı öldürürük da. İndi şeydir əslində. Mən bunu burada hesab eləyə bilirəm. Neçə trilyonu geçər yəni. Bu Amerikanın büdcəsinə yetişər yəni. Amerikanın büdcəsinə yetişər. Bu cür deyək, Amerikanın büdcəsi qədər bizim büdcəmiz olar. Amerikanın büdcəmiz olsa, nəyi istəsək bu dünyada eləyə bilmərik? Hangi ordu gücü bizə çata bilər? Hangi güc bizi təhdid eləyə bilər? Hangi güc bizi qorxuda bilər? Hangi güc bizə deyə bilər ki, qaşının, bax gözünün üstündə qaşın var? Heç bir güc. Heç bir güc. Amma indi deyə bilər. İndi Türkiyə də deyə bilər, Azərbaycana deyə bilər, Amerika gücdür. Yəni Amerika bu günlər dünyaya güc. Çin dünyaya gücdür, Rusiya dünyada gücdür. Yəni zoru çatar, gələr, vurar da, azar da, istəsə də heç kəs də bir şey deyə bilməz. Güclüyə heç kəs bir şey deyə bilməz, dostlar. Güclü, onun üçün biz güclənməyə məcburuq. Biz Türk olaraq güclənməyə məcburuq. Biz gərək arxanokonumuzu yaşamışıq, gərək buradan çıxaq. Gərək bu İrana əridaq, buradan çıxaq, hakimiyyətimizi quraq, Türk dünyası birləşsin, iqtisadımız gücləşsin, ordumuz güclü ordumuz olsun, güclü teknolojimiz olsun, güclü, onda hüquqdan danışa bilirik, demokrasida daha güclü danışa bilirik. Bilirsiniz, bizim təcrübələrimizdə biz dedim, bizim beynimizi yuvublar, bu Avropalılar, Amerikalılar, Farslar, biz dünyadan heç bilmirik. Türkiyələr də bilmirlər. Fikir eləməyin, Türkiyədə profesorlar bir şey bilirlər. Türkiyədə profesorlar, dostlar, Amerikalılar, Fransəlilər, İngilislər nə yaradıblar cəngi cahanidən bu yüzə, Osmanlı yıxılandan bu yüzə, onu qarqar edirlər. Taza bir şey deyə bilmirlər ki. Çünki hələ orada, hələ Türkiyədə milli fikir zəifdir. İnanın, Güney Azərbaycanda milli fikir Türkiyədən güclüdür. Türkiyənin ordusu var. Türkiyənin ekonomisi var. Amma Türkiyədə milli fikir Güney Azərbaycanın zəifdir. Məncə. Çünki əgər onlar bizdən türkçülük olsalar,
Türk dünyasını birləşdirməyə, tamam büdcələrin qalır Türk dünyasını birləşdirməyə. Çünki əgər Türk dünyası 10 ildə birləşsə, 10 ildə, gələn 20 ildə Türk dünyası əbər-qudret olur. Əbər-qudret olur. Avropa nədir onun yanında? Cəmiyyəti də azı, torpağı da azdır. Avropa bir şey dəyişir. Avropanın cəmiyyəti də azı, torpağı da azdır. Onların bir çoxu da ərəblərdir, müsəlmanlardır deyək, beləsi deyək. Mən bu cür desəm daha yaxşı. Bir çoxu da müsəlmandır. Yəni yüzdə heç olmasa Avropanın cəmiyyətinin %25'i müsəlmandır. Köçmüş müsəlmanlardır. Orada doğub törəmiş müsəlmanlardır. Avropanın bir cəmiyyəti yox Türk qabağında. Niyə mən türkçə olmayayım? Niyə Türk dünyasını qorumayayım? Niyə gedim məsələn İranla ki, mənə də xeyri gəlməyib keçən 100 ildə. İranın bizə keçən 100 ildə bir dənə xeyrin sayın. Mən bunu 10 ildir bu sualı qoymuşam. Bir nəfər gəlsin, mənə desin ki, İrandan ayrılsa Azərbaycan bu zərərlilər. Nə zərərlilər? Bir dənə zərərli desin. Ha, falan zərərlilərsin. Dostlar, baxın. İstiqlal həzinəlidir. Həzinəsiz deyil. Həzinəlidir. Biz insanları toğlandırır. Biz açıq ağzına deyirik. İstiqlal həzinəlidir. Amma dəyəri var. Dünyada geçən 2-ci Dünya Savaşından bu günə, 1345-dən bu günə, 1945-dən bu günə, yəni olur 55 il oradan, 24 il buradan, 80 il, 79 il. Geçən 79 ildə, odur olur, 79 il olur fikirlər. Geçən 79 ildə dostlar, bəlkə iştibah eləsəm dostlar desinlər, geçən 79 ildə 150 məmləkətdən çox məmləkət müstəqil olubdur. Hətta dostlar, mən bunları da sizə deyim. Bir ildə məmləkətlər var. Mən dünən Urmuc gölünə görə çalışırdım, bir təhqiq eləyəm, İsrağa gölü. Oxudum ki, yazıblar, İngilisi məqalədə yazmışlar ki, Urmuc gölünün böyüklüyü 5200 kilometr mürəbbədir. Yəni 5000 eni də, boyu da 1000 metr. 5200 dana bu cür 1000 metr qoyun bir-birinin dibinə Urmuc gölü olur. Baxdım ki, görüm dünyada neçə məmləkət var ki, Urmuc gölündən çıxqılıdır. Məmləkət var ki, Urmuc gölündən çıxqılıdır və İran qurudur. Bir dana məmləkət var. Urmuc gölündən çıxqılıdır. Amma məmləkət müstəqildir. Dövləti var, Sazman millətdə şeydir. Amma o dövlətlər için müstəqildirlər. Amma tüm cəmiyyətləri azdır, budcaları azdır, eləyə bilmirlər, özlərini qorxurlar qorumaqdan. Çünki məsələn biri gələ işğal eləyə, buraları öldürələr. Gediblər bir ayrı dövlətlərə deyiblər ki, gəlin bizi qoruyun. Bizi təhti himayə eləyin. Bizi qoltuğunuzun altına alın, qolunuzun altına alın, bizi qoruyun. Onların sayı çoxdur. Məsələn dedim Türkiyədə, Rusiyada bir çox cumhuri var. Elə 7-8 tane Türk Cumhuriyyəti var Türkiyədə, Rusiyada. Ki Rusiya çətri altındadılar. Müstəqil hesab olmurlar. Amma dövlətdirlər, millətdirlər. Dilləri də öz torpaqlarında rəsmidir. Tarixləri də rəsmidir. Əlbəttə onlar da ruslaşıblar da. Yəni onların da beyni ruslar olublar. Məsihiyyət dünyası çox zirək dünyadır. Çox təcrübələr qazanıblar. Pap deməyin ki, dövlət deyil. Pap bir sistemdir. O sistem dünyanı idarə eləmək sistemidir. Daimən oradan nəxşələr çıxar, dövlətlər icra elərlər. Nə cür dünyanı neyniyək? Nə cür idarə eləyək? Düşüncələri budur. Fərq eləməz. Bir gün bunu İspaniya aparar qabağa, bir gün İtaliya aparar qabağa, bir gün də Amerika, İngilistən aparar, bir gün də Amerika aparar. O fərq eləməz, o siyasəti fərq eləməz. Bir gün də Alman aparar. O məsələ deyil, əslən onlar o mühüm. Mühüm budur ki, o siyasətlər kulli o Məsihiyyət dünyasının nəfinə irəli keçsin. Bizim Osmanlıda bu var idi. Osmanlıda bu var idi. Biz əgər xilafəti fəqət saxlasaydı, torpaqlarımız işğal olsaydı, fəqət 100 metr Vatikan bilirsiniz də bir çoxdur. 1 hektardır, 2 hektardır, belə bir yerdədir. Yəni çox böyük bir yerdə, bilmirəm neçə kilometrdir. Eni boyun sayısı 1-2 kilometrdən çox deyil. Ora
Fəqət o bizim əlimizdə qalsaydı Osmanlıda, fəqət Türk dünyasında fəqət o qalsaydı, bizim bəsimiz idi. Yəni bizim bugünkü ordularımızdan onun gücü çox olardı. Çünki o bir gün bizi siyasi və stratejik olaraq, nizami olaraq birləşdirərdi. İndi ki biz birləşdirmirik, çünki Türkiyənin zehnini bitir yuyublar, Türkiyəlilərin, İrandakıların bitir yuyublar, Quzey Azərbaycandakilərin, bitir Türkmənistanlıların, Qırğızistanlıların, Tatarların, hərənin zehnini bitir yuyublar. Türk dünyasına və Türklükdən qopardıblar. Heç kəs bilmir ki, mən Türkəm. Buna deyəndə deyir, mən Azəriyəm, ona deyəndə deyir, mən Türkəm, ona deyəndə deyir, mən Qırğızam, buna deyəndə deyir, Tataram, ona deyir. Baxın, hara gedib yapışıbdı bir dana şeydən. Filin bir yanından yapışıbdı, qaranlıqda hamımız girmişik bir otağa. Bizə deyiblər ki, burada bir fil var, biz bilmirik var ya yox. Çünki onlar deyiblər. Bizə deyənlər deyiblər. Amerika, İngilistan bizə deyibdi ki, orada bir fil var. Getmişik, yapışmış, bura Türk şeydir, paya kimidir, sütun kimidir, saxtmanın sütunu kimidir. Bura Qırğızistandır. O da yapışıb buradan, burada yel vuran şey kimidir, qulağıdır filin. O da yapışıb ki, bu da şeydir, filin qulağı da şeydir. Məsələn, Türkəmən kimidir. Hər bir şey. O halda ki, biz Türk birliğine yetişsək, və siz fikir eləyin ki, bir gün ola Türk birliği və İslam birliği, İslam dünyası birliği ola. İndilikdə 2 milyar cəmiyyəti var. Mən bilmirəm, bu müsəlmanlar hava ayrılacaqlar, bir gün gələrlər, düşünərlər ki, bizim 1 milyar ya 2 milyar cəmiyyətimiz vardı. Biz əgər birləşsək, dünyada bir dənə məmləkət bizə deyə bilməz ki, nəft də bizdə, qaz da bizdə, su da bizdə, dərya da bizdə, torpaq da bizdə, dünyanın stratejik yerləri də bizdə. İnsan da bizdə. Mao'nun bir fərziyyəsi var idi dostlar. Mao deyirdi ki, Mao qudrətə gələndə, mən bunu dünənləri də dostlara deyirdim. İngilistan, mən bayaqları dedim sözün əvvəldə başlayında bu videonu, dedim ki canlı yayını, onda dedim, indi də yenə deyim. Bu məsihilər hangi torpağı işgal ediblər, onların beynini də işgal ediblər. Tarixlərini də işgal ediblər, dillərini də işgal ediblər. Çox əcibə millətdirlər. Bunlar əslən rəhm adında bir şey yoxdur. Deyir ki, tutdun, bax öldür. Hər nəyi var sənin olacaq, öldür keçsin. Sən öldürəndən sonra dünya səni məhkum eləsin. Önəm daşımır ki, sən öldürmüsən, torpaqda almışsın, onu məhkum eləsinlər. Sözdür. Bu İngilislər gəliblər, Kanada, Amerika yekəlikdə yerləri alıblar ha. Adamları öldürüblər, yerlərini alıblar. Müftə yerdir, bax müftə. Müftə yeri özü nə böyük daxı. 8 saat, 9 saat təyyara gün çıxandan gün batana uçur. Elə ki, Təbrizdən 1000 təyyarıya gəlir o. O qədər zaman çəkir Kanadanın bu başından o başına gedəsən. O qədər böyükdür. Bunların adamlarını öldürüblər, kim məni məhkum edir eləsin. İndi də gediblər, onlar dilə tuturlar. Uşaqlarından bir işsiz qalır, baxır. Orada burada 100 min nəfər diri qalır orada burada. Onları dilə tuturlar. Gəlin siz məvaddım xəddir verək çəkin, siqar çəkin, ondan sonra alkol için. Bunlar sizə maliyyət almayacaq. Hə, bir də pomp benzin də qoysaz, benzin satın, sizə orada da maliyyət verməyin. Milyonlar, 9 milyon neçə 100 kilometr mürəbbə şeyin Kanadanın böyüklüğüdür. 9 milyon neçə 100 kilometr mürəbbə. Adamları öldürüb, torpaqları alıb, mən sahibiyim, deyir. Sən nə deyə bilərsən? İndi siz orada oturun, hüquq bəşərdən danışın. Hə, indi adamlara da deyir ki, tamam, gəlin sizə şey edeyim. Başını aldır. Mən uşaq idim. Bir dənə taza köçmüşdü Təbrizə. Bir dənə uşaq mənim başım vurdu. Buradan daş dəydi. Bu qaşım şey oldu. Cırıldı. Qaşım cırıldı. Buradan qansız şırıldır. Getdik ağlaya-ağlaya getdik bunların qapılarına.
Çətdində gəlmiş hesabına. Gəldilər başıma dolanıb, qələt eləyibdi. Biz o uşağı yalanla öldürəcəyəm, gedib başını kesəcəyəm. Sən nə ağlamı, başıma dolanıb. Gəl, bir iki dənə şokoladdan zaten qoydular cibimizə, əlində qoydular burana, bir dənə də təsbih yapışdılar, gedibcə. Abıtdılar, gəldik. Bu, Batı dünyası müstəmirə dünyanı belə avıdır. Dilə tutur. Necə ki, Farslar bizi dilə tutdular. Azərbaycan sarı İran asdı. Bu sarı İran olan gərək bu baş. Siz xanımları da belə örtsəz bu üzü eşikdədir. Bu Azərbaycan bu gərək bu İranın başı olaydı. İqtisadda da bu görünəydi, dildə də görünəydi, tarixdə də görünəydi, elmdə də görünəydi, sənətdə də görünəydi. Bu başı kəsmisiniz, amma deyir ki, başı sarı İran asdı. Bunu indi bişirib yemək lazımdır. Bilirsiniz dostlar, biz bu vəziyyətdə yaşayırıq. Biz təhtil yolumuz var. İndilikdə. Neçə mərhələdir? Türk dünyası düzəlmək üçün neçə mərhələdən keçməliyik? İrandakı türklər müstəqil olmalıdır. Ya o müsəlləsi, dediyim müsəlləsi yapışdırarlar, bir-birinə müstəqil olarlar, içlərində federal yaşarlar. Ya da ki, 3 dənə dövlət qurulmalıdır İranda. 3 dənə hakimiyyət qurulmalıdır. Bugünkü İranda müstəqil Qəşqaistan Cumhuriyyəti, Türkmen Səhra Cumhuriyyəti, Azərbaycan Cumhuriyyəti. Ya bu 3 dənə qurulmalıdır, sonra da müttəhid olmalıdırlar. Ordusal olaraq. Dostlar deyirlər ki, onlar olar, yox. Onlar elə ki, Azərbaycan müstəqil olsa, Qəşqaistan da müstəqil olsa, Türkmen Səhra da müstəqil olsa, bunlar ordusal olaraq, siyasi olaraq, vəsətlərində hətta belə aralarında ayrı torpaq olsa da, bunlar birləşib bir dövlət kimi idarə edə bilərlər özləri. Tarixdə də bu çoxdur, Amerikada da, Amerikanın indi bir torpaqları var ki, öz torpağına yapışıq deyil, bir ayrı torpaq gələcəksə gedir ora. Tamam. Pakistan da o cür idi. Pakistan'da 2 parti idi, Şərqi, Qərbi. Batı Pakistan, Doğu Pakistan ayrıldılar, oldular 2 dənə. Bangladeş və Pakistan. Bu ola bilər. Yəni biz bunları həll eləyə bilirik. Biz kafidir ki, iradə eləyək, əvvəl müstəqil olaq. Əvvəl bizim özümüz müstəqil olmalıyıq, dövlətimizi qurmalıyıq, ordumuzu qurmalıyıq, sistem, o idarə sistemimizi, idarə təşkilatlarımızı yaratmalıyıq, özümüzü qorumağa güclü olmalıyıq, ordumuz çox güclü olmalıdır. Çünki biz indi qalxırıq, bizim ordumuz Türkiyə ordusuna yaxın bir ordu olmalıdır. Ya hətta ondan çox nəfərat olaraq. Silahlanmaq da gərək silahlanmaq, bu da çarəsizdir. Çünki düşmənlərimizin silahı var, biz silahsız ola bilməz. Onun üçün ordumuz. Ondan sonra bu mərhələni keçirdik, Türk dünyası ilə yanımızda olan Türkiyə və Azərbaycanla, Şimali Azərbaycanla, Quzey Azərbaycanla birləşmək, konfederal qurmaq. Bu konfederalın fikrini biz yaratmışıq illərdir. Güney Azərbaycan yaradır. Mən bayaqları dedim, teori olaraq Güney Azərbaycan çox güclüdür. Və getdikcə gücləşir. Çünki bizim indi çox cəlib filsuflarımız var. Çox cəlib siyasət təcrübəsi var. İş təcrübəsimiz yoxdur. Yəni, siyasilərimizin iş təcrübəsi yoxdur. Müdürlərimizin təcrübəsi var. Bizim, məsələn, çox güclü müdürlərimiz var. Amerikada, Kanadada, Avropada, Rusiyada, Çində, Asiyanın hər yerində. Bizim çox güclü Güney Azərbaycandan danışılan müdürlərimiz var bunlarda. İqtisadçılarımız var. Bunlar təbii ki, Güney Azərbaycanı şeyə çatacaq. Amma biz ordu olaraq, məsələn, əslən şeyimiz yoxdur. Təcrübəmiz yoxdur. Onu da həm özümüz qurmalıyıq, həm də türk dövlətlər bizi burada dəstəkləməlidir. Bizi himayət eləməlidir, bizi qorumalıdırlar. Hətta ordusal olaraq bəlkə onların orduları gələ bizi bir 5 il, 10 il bizi, əsər onların ordusu bizim mərzilərimizi qoruyur. Biz buna məcburuq. Buna məcburuq. Biz Fars teröristlərinin qarşısında, Kürdlərin qarşısında biz o iki dövlətin ordularına, ordu güclərinə, ordu təcrübələrinə
ehtiyacımız vardı. Baş əyəcək, yalvaracaq da, xahiş edəcək, gələcəklər. Gələcəklər və bizə orada yardımcı olacaqlar, dövlətimizi, millətimizdə əmniyyətini qoruyaq. Dedim, bizə əmniyyət çox mühümdür. Çünki iqtisad əmniyyət olmasa keçməz. Para da gəlməz, pul da gəlməz. Əmniyyəti gərək yaradaq. Biz məcburuq 6 ayın içində dövlətimizi quraq, əmniyyətimizi də yaradaq. Bu məcburiyyətdir yox. Dostlar, ya bu gün, ya səhər, ya 1 ildən sonra, ya 3 ildən sonra bu İran dağılacaq. Yəni 3 ilə çəkməyəcək. İran getməlidir. İran gedəcək. İrana 2-3 dənə müşəh vursalar, İranın 1-2 dənə yeri dağılsa, nirugahları dağılsa, nirugahları və bir iki dənə əsli padqanları var. Onları vursalar, İran dağıldı. İran getdi. İşte İran tarixi getdi də. İran getdi Qacardan qabaqçı dönəmə. İrandan qabaqçı dönəmdə İran adlı bir şey yoxdur. Tikir ki orada burada hər şeylikdir. Sıqqılı balaca xanlıqlardır. Xanlıqlar da deyək, elə deyək xanlıqlardır. Balaca dövlətlərdir özünə. Xanlıqlardır, bəyliklardır, belə bir şeylərdir. Biz o dövrəyə qeydəcək. Amma biz dövlətimizi qurmalıyıq. Birinci mərhələdə öz dövlətimizi, torpaqlarımızı, tarixi torpaqlarımızı əlimizə keçirməyə çalışmalıyıq. Qəşqayistan, Türkmen Səhra, Azərbaycan. Xətt çəkib, bunlar yapışmalıdır bir-birinə. Bu aradakı torpaqlar bizimdir. Tarixən də bizimdir. Dostlar, mən bir ləhzə bu telefonumun batırı qutarmaq istəyir. Mən fikirləm ki, indi bayaqları baxmışdım, ondan bu üzə yenə də biraz çox danışdım, amma əgər dostların sualı olmasa mən yavaş-yavaş, çünki çox uzun oldu bu videonu. Okey. Dostlardan biri gördüm, çox sağ olun əziz dostum, təşəkkür edirəm. Ulduz dostum, var olun, sağ olun. Mən, dostlar, bu cür düşünürəm ki, İran bu savaşı uduzacaqdır. Dünyanın iradəsi, xüsusən Batının iradəsi budur ki, İran yıxılsın. Çünki İran məntəqədə ərəblərə çox böyük təhlükədir. Türklərə böyük təhlükədir. İsrailə böyük təhlükədir. Bizim nəfimizədir. İranın yıxılmağı bizim nəfimizədir. İran yıxılsa, Türkiyənin də üstündə olan bu Kürt terror qorxusu gedər. Niyə? Çünki biz yapışsaq Türkiyəyə topraq olaraq, siyasi olaraq, iqtisadi olaraq bir dövlət kimi olsaq, konfederal bir dövlət olsaq, Azərbaycana da yapışsaq, yəni bu 3 dövlət hələlik bir olsa, o Kürt terror sistemi bizim aramızda əzilər. Qalxa bilməz. Çünki bura gəlmək yeri yoxdur. Onun iki yerdə gizlənə bilir də Kürt terroru. Bir Suriyə, Əraqdır, bir də İrandır. Əgər bu İran adlanan yer Azərbaycan torpaqları birləşsə, təqribən Əraqdakılar bilmirəm Kürdlər necə qalacaqlar ki, onlar məcburdaşı Türk hakimiyyətinin altında, Türk dövlətinin altında Kürt vətəndaş olaraq yaşasınlar. Yoxsa ayrı bir şey, o şey bir ayrı öz seçməlidirlər. Terror olmamalıdır bizim torpaqlarımızda. Türkiyənin də nəfinədir. Türkiyənin çox faydası çıxarı buradadır ki, bizim istiqlalımızı himayət edir. Amma biz bu günə hazırlaşmalıyıq. Yəni biz əslən gözləməməliyik ki, Türkiyə bir iş görə, Azərbaycan, Amerika bir iş görə. Yox, bunlar heç birisinin, İsrail bir iş görə. Biz bunları görməliyik. Biz hazırlaşmalıyıq özümüz, hər məhəllədə özümüz. Mən 4 dənə
dostum var, tanıyanım var, yoldaşım var. Buna biz gərək oturaq danışaq. İranda məsələn zəif olsa nə etməliyik? Bir dənə də rəmzimiz olmalıdır. Məsələn, filan gün oldu, Həsən deyəndə gedəcəyik məsələn, filan kələntərini alaq və filan padğanı alaq. Gedəcəyik oranı alaq. Bizə, əgər mən umarım, dua edirəm, mən gecə günüz duam budur. Allahım, İran Fars dövləti bombardıman olsun. Allahım, İran Fars dövləti yıxılsın. Allahım bizim milləti qoru. Allahım bizim millətimizin istiqlalını, vətənin qoru. Allahım bizi düşmənlərin qabağında müzəffər elə. Allahım bizi birləşdir. Bizdə bir-birimizə yaxınlaşmaq qüruru, kibri, qırağa qoyub bir-birimizə yaxınlaşıb dövlətimizi qorumağa müvəffəq elə. Allahım Türk dünyası birləşsin, orduları, iqtisadı birləşsin, bizim rifahımız çoxalsın. Dostlar, çox gözəl. Amin, amin inşallah. Biz gerək dualarımızda, mən o gün bir şey dedim, dostlar bunu ciddi tutmadılar. Mən əgər istəyirəm namaz qılam, bunu etiraf edeyim, istəyirəm namaz qılam. Məndə müsbət təsiri olubdu namaz qılmağın. Amma Təbrizə tərəf qılam. Mənim qıblam Təbriz olsun. Vətənim olsun. Çünki qıbla haradır, vətən oradır dostlar. Mən dünən Türkiyədən bir dənə mallıya qulaq asırdım. Deyirdi ki, sizin ana diliniz nədir? Mən göstərmədim mənim ana dilim türkdür. O oradan deyir ki, sizin ana diliniz dininizin dilidir. Dininizin də dili ərəbcədir. Sizin ikinci diliniz türkcədir. Niyə? Çünki onun qıblası Ərəbistandır, Məkkədir. Ərəbistan olduğu üçün ora buna mühümmüdür. Ona Ərəbistanın dili mühümmüdür. Amma sənin qıblan Təbriz olsa, sənin qıblan Bakı olsa, sənin qıblan Ankara olsa, sənin qıblan olduğu yer sənin əsasın olar. Əsas sənə, paya sənə, əsl sənə, varlıq sənə ora olar. Özünü oraya ilə tərif elərsən. İndi müsəlmanlar özün hara ilə təmin edir? Qıbla ilə. Qıbla haradır? Məkkədir. Məkkə haradadır? Ərəbistandadır. Ərəbistanın dili nədir? Ərəbcədir. İslamın dili nədir? Ərəbcədir. Amma biz kimik? Türkük. Təsadda düşdük. Həm müsəlmanım, həm türkəm. Mənim qıblam haradır? Məsələn, biz namazı qılsaq Təbrizə, Allah deyəcək ki, namazı oraya qırdın. Hə? Yəni, Allah bu qədər kiçikdir ki, deyə, məsələn, gərək Allahın evini orada kim tikibdir? Burada tikək yoxdur. O, bir şey var idi, getmişdi, istirdi Məkkəni dəyişdirsin, gətirsin ora. Gözəl fikir idi. Mən bilmirəm, türklər niyə bu işi görmədilər ki, Məkkəni o Həcərül Əsvədi götürürlər, gətirirlər, qoyurlar, Məkkəni də burada tikərlər, deyərlər ki, müsəlmanların qıblası buradır. Niyə bu işi görmədilər, bilmirəm. Çox dinsel olaraq mənim nəzərimcə biraz şey olmayıblar. Xilafəti gətiriblər, Məkkəni də gətir. Məkkəni də gətir. Əgər Məkkə qərar olsun, diqqət buyurun. Əgər qərar qıbla Məkkə olsun, Məkkə gəlsin Təbrizdə, Ankara'da, nə bilim bir ayrı yerdə, torpaqda, Türk torpağında bir yerdə olsun. İnsanlar gəlsinlər Məkkəyə ora. Ziyarətə gəlsinlər ora, qıblaları da ora olsun. Mənim torpağım olsun qıbla. Adamlar möhr gedirlər Məşədə, Kərbəliyə, möhr alırlar gətirirlər, torpaq. Ət torpağında Təbrizdən yığıblar, aparıblar ora. Təbrizdə də o iki axtı dağ var, hamısı qırmızı dağda ət torpağıdır. Oradan mən soruşdum hacılardan, için bunu soruşmuşam deyirəm. Cünas TV-də bunun canlı proqramını aparmışam. Əgər qalsa Cünas YouTube-da bəlkə tapılar. Mən o zaman, indi bilmirəm, çünki onun üstədə 10 il geçibdir. O zaman hacılardan soruşdum, bu Məkkəyə gedənlərə, Kərbəliyə gedənlərə soruşdum. Möhrün birini neçəyə alırsınız orada?
Deyirlər, məsələn, Məşədə gedəndə, məsələn, yap cıqqılısı, məsələn, 50 girəm, 30 girəmi verirlər 4000 tümənə. O zaman dolar, məsələn, 1000 tümən idi. İndi dolar olubdur 50 neçə min tümən. 70 min tümən, üstü 70 min tümən. Çünki Kanada doları olubdur 48 min tümən. Dünən 48 min tüməndir Kanada doları. Yoxcu, 4000 tümən, dolar da 1000 tümən, yəni 4 dolar. 4 dolar verirdi, 30 girəm torpaq alırdı, ət torpağı. Ki əslən nə İmam Rizqiyə rəbti var, nə İmam Hüseynə rəbti var. Əslən Kərbəlanın yaxınlığında deyil o dağlar. Əslən Məşhədin yaxınlığında deyil o dağlar. O dağlar maşın gedir tireli ilə məsələn 100 kilometrdən, 200 kilometrdən torpağı gətirir. Burada əzillər Məşəd deyə satırlar bizə torpağı bir beliyə. Tamam, bu Təbrizdə bu torpaq var. Mənim öz kəndimdə yaşadığım onun toprağın əlası var. Əlası. Qıpqırmızı torpaqdır. Onu bişirəsən ha. Çərpicin biri onda neçə idi Allah? 100 tümən idi, neçə idi? Çərpicin biri 2 kilo, 3 kilo çərpicdir. O da qırmızıdır, bu da qırmızıdır. Amma bu mənim torpağımdır. O onun adına çıxan torpaqdır, Farsın torpağıdır. Məsələn, Məşəddən gəlsə, Qumdan gəlsə, Farsın torpağı hesab olur. Satır mənə, girəmi düşür məsələn neçə 100 tümənə. Mənim torpağımın kilosu düşür 1 milyon. Niyə? Buna görə ki, mənim beynim yuvulub da. Bəli, gətirməliyik, yəni qorxmuruq yoxdur. Yəni, niyə məsələn biz möhrümüzü, filanımızı, zadımızı oradan gətirək? Yəni, bu geri qalmışlıq bir şeydir, düşüncəli. Bizim vətənimiz əsl olmalıdır, dostlar. Millətimiz əsl olmalıdır. Bizə heç dünyada, heç millət, bizə öz millətimiz kimi böyük millət olmamalıdır. Hətta biz ırqıçılığa gəlsə, bizim millətimiz dünyada ən yaxşı millət olmalıdır. Ən mürəffəh millət, şey deyil, nə deyim, bu ırqıçılığa keçməz ki, nəcatpərəstliyə keçməz ki. Mən istəyirəm mənim millətim ən rifahlı millət olsun, ən ağıllı millət olsun, ən inkişaflı millət olsun, ən hər şeyin yaxtısı bunların olsun. Mən fikirləmirəm bu ırqıçılıq olar. Fikirləmirəm ki, bu millətçılıqdır. Dostlar, saatı keçirtdikcə çox keçdi. Mən hər gün çalışacağam, 2 saat fikirəm 50 dəqiqə danışırım. Mən hər gün çalışacağım saat 2-də bizim vaxtlarının, Toronto vaxtı ilə, sizin Təbriz vaxtının 9-da hər gün gələcəyim təkrar olsa istiqlalımız haqqında, dövlətimizi qurmaq haqqında danışacağım. Bəlkə taza bir sözlər də taparam, gətirirəm. Amma çalışaq hər gün bu gündəmdə saxlamalıyıq. Biz istiqlalımızı gündəmdə saxlamalıyıq. Eşq olsun sizə, eşq olsun Türk millətinə, eşq olsun vətənimizə, eşq olsun vətən yolunda gecə gündüz yuxuda da düşünən insanlara, yuxusunda da Azərbaycanın gələcəyin, dövlətin düşünən insanlara eşq olsun. O insanlar ki, nəfəs çəkəndə Azərbaycan nəfəsi çəkələr, dövlət istiqlal nəfəsi çəkələr. Nəfəsi verəndə də Azərbaycan, dövlət, istiqlal nəfəsi verərlər. Öləndə də Azərbaycan istiqlalı deyib ölənlərə rəhmət olsun. Gününüz xeyir qalsın dostlar. Görüşərik. Sağ qalın. Əlbəttə bir dənə sual soruşsam dostlardan burada olsalar. Dostlar, bu videonu saxlayayım çünki əvvəlində bəzi sözlər demişəm, düşmənləri eşitməmək yaxşıdır. Ya şey eləyək. Qoyun saxlayayım, hələ feylən. Nəzərlərinizi yazın, göndərin. Əgər görsək ki, çox adam istədi qalsın, saxlarıq. Sağ olun, hələlik dostlar. Hələlik.